Mən bir dostları salam ərz eləyim. Bu biraz dostları qonaq çağırım, təşrif gətirsinlər otağa. Sonra da sayın qonağımız təşrif gətirsin, bərabər proqramı başlayaq. Əslində bu bölümlər şimdi əlan danışıram, bunlar kəsiləcəklər. Sonra amma biz bundan belə boş getməsin burada bir danışıqlar aparırıq. Tamam, mən. Salam əziz və hörmətli dostlar, xoş gördük. Umarım keyfiniz sazdır, yaxdısınız. Və dünyanın hər yerindəsiniz, hər zamanda məni və bu videonu görürsünüz. Sizə can sağlığı arzulam. Var olun, sağ olun. Salam əziz və hörmətli dostlarımız. Xoş gəlmisiniz. Mən proqramı başlayayım. Görək ki, nə olur, nə olmur. Bu açmamışdan öncə bir soruları da tapım qoyun bura ki, qonağımız gələndə soruları tapmaq müşkülü ilə üzbəyiz olmayaq. Proqramı başlayaq. İnşallah qonağımız da təşrif gətirəndə görürük ki, nə olur. Nələr olur, nələr olmur. Biz dünənləri milli mənafeyi oxuduq, istiqlalı geçdik, İranı da geçdik, federalizm bəhsindən qaldıq. Tamam, o orada. Salam aleyküm əziz və hörmətli dostlar. Mən icazənizlə rəsmi olaraq buradan proqramı başlayayım. Salam əziz və hörmətli dostlar, mən İnsaf Əli Hidayət, Düşüncə o Bağı adlı proqramı aparmağa başlayıram. Biz belə bir qərara gəldik ki, bir düşüncə otağı, düşüncə bağı açaq. Bu bağda hər fikirlər gəlsinlər, bir-birlə danışsınlar və uzaqdan da olsa bir-birlərini eşitsinlər, dinləsinlər, danışsınlar. Əlbəttə, əsli amacımız budur ki, buradan bir siyasi kültür çıxsın, buradan bir siyasi kitablar, tezlər çıxsın. Onun üçün ciddi bir siyasi dərslik əslində başlayırıq. Çoxlu məsələlər. Biri də Güney Azərbaycanda və İranda olan siyasi partiləri salamün aleyküm, aleyküm salam, tamam dostlar. Xoş gəlmisiniz hamınız. Biri də siyasi təşkilatları, mən bu gün baxırdım, 13 siyasi təşkilatı dəvət eləmişik. Bunlardan biri deyib gəlməyəcəyəm, biri deyib soruşacağım, içəridə işdə məsləhət eləyəcəyəm, cavab verəm. Biri də deyib ki, vaxtım olsa gələrəm, Qəşqayı Partisi və onlar işləri ilə dür gəlmir. Hər halda ehtimalı çox azdır Qəşqayılar gələ bilsin. İndilikdə. Amma hər zaman elama hazırlıq elam eləsələr, təbii ki, bizim düşüncə o bağının qapısı hamının üzünə açıqdır. Ondan sonra soruları yazdıq, göndərdik. Ondan sonra əməkdaşlıq, həmkarlıqların nə cür əməkdaşlıq eləyəcək onları yazdıq, göndərdik və beləliklə sıra ilə vaxtlarını da verdik, gəldilər. Ən başda Güney Azərbaycan İstiqlal Partisi Salih İldırım cənablarının liderliği sözcü olaraq, sözcü liderdirlər, amma rəsmi adları partidə sözcüdür. Təşrif gətirdilər. 6 gün burada huzurunuzda olduq bərabər, soruları sorduq, cevabı almağa çalışdıq.
6 günün 5-də Milli Ərdəmli ən üstün rütbəni qazandı, nişanı qazandı və bir gün sadəcə Günaz TV-yə bir işarə etdiyi üçün bir dərəcə gəldi aşağıya və ən ərdəmli oldu. Amma ondan sonra da 6-7 gün dalbadal səslə zəbt eləyib nəzərlərin qalan sorulara, yəni 65% sorular ki, cavabsız qalmışdı, onlara zəbt eləyib göndəribdi. Məncə onlarda da Milli Ərdəmli davam edibdi və üst-üstə deyə bildik ki, 11 bölümün 10 bölümdə Milli Ərdəmli nişanı alıbdı, bir bölümündə ən ərdəmli nişan alıbdı. Sağ olsunlar, çox-çox sevindik huzurlarından. Ondan sonra Güney Azərbaycan Demokratik Türk Birliği Təşkilatı Başkanı Sayın Əjdər bəy Təqizadə cənabları gələcəkdilər. 6 cələdənin 6-sında da gəlmədilər. Mən özlərinə təzəşdən mesaj qoymuşam. Mənfi nömrə aldılar 60. 6 gün gəlmədilər, 6-sında da mənfi aldılar. Amma mən dünənləri Mikail bəyə də, özünə də yenidən neçə gündür mesaj buraxıram ki, əgər gəlsələr bu nömrələri də silərik inşallah və gözəl bəhslər aparırıq. Üçüncü parti ki, bu günlərə ən son günüdür, yəni 5 gün gəlibdir və indi də gözləyirəm təşrif gətirsinlər. Yunus bəy Şamili cənabları Azərbaycan Demokrat Partisi tərəfindən ki, federalist düşüncəsin dəstəklirlər, yəni onu siyasət götürüblər. Təşrif gətirdilər, keçən 5 günü buradaydılar. 5 günün 4 günündə Milli Ərdəmli nişanını alıblar məndən və bir günündə ən ərdəmliyə iniblər, yəni Milli Ərdəmlikdən ən ərdəmliyə iniblər. Onun da səbəbi olub ki, cənab Çehriqaniyə işarə eləyiblər bir tarixi olaraq. Bunu da yenə də cənab Çehriqaniyə xəbər vermişik, o birisini də Günaz TV-yə xəbər vermişdik. Hər zaman istəsələr təşrif gətirə bilərlər və cavab istəsələr verə bilərlər. Əlbəttə, eyni halda parti idilər onlar. Yəni, cənab Çehriqani də, cənab Əhməd Obalı, ya Günaz TV özü şey deyil, parti deyil, özü bir mediadır, amma lideri Sayın Əhməd bəy Obalı cənabları bir parti lideridir. Hər halda dəvət eləmişik, hər ikisini də hər zaman təşrif gətirsələr yerləri bizim başımız, gözümüz üstə qədəmləri təşrif etsinlər, cavab versinlər. Yunus bəy Şamili cənabları gəldi. İcazənizlə mən bu dostumuzu, qonağımızı əlbəttə eyni halda dəvət edib almış olsunlar və gəlsinlər üstə. Bu günləri də Yunus bəy Şamili cənabları ilə biz çox ciddi bəhslərə girdik. Ona görə sorularımızın %10'un təqribən cavab almışıq. Qalanları qalıbdır. Salam aleyküm Yunus bəy Şamili cənabları. Salam aleyküm, salam aleyküm. Aleyküm salam, aleyküm salam. Sağ olun, var olun. Salih bəy də cənabıza salam yazır. O birisi dostlar da. Hoş geldiniz. Dan sonra arz edeyim ki, dünenləri bizim programımızı Salih bəy Kamirani cənablarının əmri üzərə televizyondan yayınıbdır birinci bölüm və beləsi yayınır. Mən dostlara buradan baxırlar, çox böyüklüklə 2 zamanda yayılır televizyondan. Bir akşam saat, yəni o yayılan akşam 12'də, yəni biz programı qutarandan biraz sonra başlayır. Bir də sübh Təbriz vaxtı sübh saat 8'də başlayır və yayılır. Çox təşəkkür edirik, var olsunlar, sağ olsunlar. Çox sevindiricidir ki, bir televizyon tamam partilərin səsini eşitməyə, yaymağa, millətimizə getirməyə çalışır. Məncə böyük bir addımdır. Buna görə ki, siyasiləşməyin böyük addımıdır. Təşəkkür edirəm. Gözəl bir dostumuz var, Güney Azərbaycan Səsi İdarə Edir, Gürşad bəy. O da çox zəhmət çəkir, bu videoları edit edir. Bu halətdə şimdi Əlan cənabızla mən altı üst görsənirik. Onu kəsir, yanbayan qoyur. Bu da
böyük işdir. Dostlardan istərik ki, onların da səfərləri bəyənsinlər, geçsinlər, orada görsünlər. YouTube-da da səfərləri var. Çox böyük bir işdir. Yavaş-yavaş bir tim olur. Özlüğündən bir milli hərəkət belə bir şeydir məncə. Elə hər kəsə bir tərəfdən yapışdır, bu millətə çox səs getsin. Tamam dostlarımız da ki, istəyirlər, eləyə bilərlər videoları, şeyi yoxdur, copyrighti yoxdur. Hər kəs eləyə bilər, download olasın, eləsin, öz səhifəsinə qoysun, yaysın. Hər nə cür istəyirlər, o şəkildə yaysınlar. Əlbəttə, bir dostumuz siz mənə göndərmişdiniz, Qəradağ səsi, əgər səhv eləmirsən, onlar da videonu qıssa-qıssa kəsirlər, özləri də bir nəqdi qoyurlar, yayırlar. Bu da çox gözəl işdir. Bununla belə ki, cənabımıza qarşı bəzən nəzərə gəlir ki, bu iş olur, amma özlüğündə çox gözəl bir işdir. Mən təşviq edirəm və təşəkkür edirəm. Buna görə ki, bizim səsimiz yayılır. Hətta mən dostlardan bir xahiş diləyəcəm. Hər kəs bu partilərlə, bu düşüncələrlə müxalifdirsə belə girsin meydana və nəqd eləsin. Bu səsin yayılmağında, bu düşüncənin yayılmağında çox önəmli olar. Hətta bir istəsə düşüncə bağının adını da götürsün, mənim üçün okeydir. Mənim üçün ən mühüm olan budur ki, bu səs, bu siyasiləşmə millətimizə yetişsin. Burada müqəddəmələri dedik. Dostlar, bugün son gündür ki, Yunus Şamilinin xidmətindəyik. Sabah tətildir düşüncə bağı. Bir gün Salih bəy Kamirani cənabları təşrif gətirəcəklər bir gündən və beləliklə proqramımız davam edəcək. Bu da bu. İndi sizin əgər bir səlam edək istəyirsiniz, sonra başlayalım. Hem size selamlar ve saygılar ve hem orada dostlar iki gəliblər, vaxt qoyurlar və bizə qulaq asırlar, onlara selamlar olsun və selamlar olsun onlara ki, sonralar bizi dinləyəcəklər, baxacaqlar, fərq etməz. Zəhmət çəkirlər, vaxt qoyurlar və bizi dinləyirlər. Özü böyük bir işdir. Ələlxüsus sizdən bir özəl təşəkkür lazımdır ki, bu qədər vaxt qoyursunuz. Mən birisiyəm, bir həftə qalaq qoyuram. Siz fikir edin, hər bir siyasi təşkilata bir həftə vaxt qoyursunuz. 10 həftə bəlkə, bilmirəm nə qədər gələcəklər. Çox böyük bir işdir, çox böyük bir zəhmətdir. Ona görə sizdən bir özəl təşəkkürümü də həm öz adıma, həm təşəkkürümün adına və həm də elə xalqımın adına səndən bir təşəkkür edərəm. Çox sağ olun, təşəkkür edirəm. Var olun, var olun. Ərz edeyim ki, dünənki bəhsimizə istiqlalçılar Əl-Əhvaz Bəluçistan haqqında bəhs edirdik. Məlumatlar ələ topladıq. Dostlar lütf elədilər, məlumatlar göndərdilər. Əl-Əhvazın əgər səhv eləmirsə, bir yadımda deyil, əlbəttə baxa bilirəm buradan, bir dəqiqə. 6 dənə istiqlalçı təşkilatı vardı. Bəluçistanın da 3 dənə istiqlalçı təşkilatı vardı. Eyni halda istiqlalçılar bir çoxu silahlı hərəkət edirlər. Bu iki bölgədə. Bunları xidmətinizə getirim. Amma keçək federalizmə ki, sizin partinin təxəssüsü və demək olar ki, ideolojisi haline gəlmiş bir vəziyyətdir. İdeolojidir ya yox? Federalizm əsla ideoloji deyil. Əsla ideolojiyə heç də əlaqəsi yoxdur. Federalizm bir stratejidir, siyasi stratejidir və zərurətlər və müəyyən şəraitin analizindən və fərqli faktorların oluşumundan bir strateji çıxmaq lazım. Yəni bir siyasi strateji, bir siyasi partiya və ya siyasi hizb tərəfindən meydana gəldiyində fərqli analizləri, sosial, siyasi, tarixi, kültürel durumu, ekonomik durumu analizindən sonra onların oluşumundan bir hara vara bilərik deyə, hansı alternativlər vardı deyə və hansı əlverişli deyə bir strateji seçir. Yəni çox dinamik bir faktordur strateji. Strateji dəyişən bir şeydir. Yəni müəyyən şəraitə görə bağlıdır. Yəni bugün müəyyən şəraitdən analiz və müəyyən bir strateji ona qurmaqdır. Şərait değişdiyində sən yeni analiz və yeni strateji. Stratejilər qısa müddət, orta müddət və uzun vadeli ola bilərlər. Ona görə strateji əbədə ideolojiyə dəxli yoxdur. Bəncə müstəqil bir yol xəritəsi deyə
adı qoymaq olar. Tamam. Və çox dinamik modeli var. Yəni dəyişilən bir faktordur. Siyasət əsasında bu cür bir şeydir. Yəni hər bir şey yeni bir şəraiti dəyişilirsə, yeni analiz və hər partiyanın tərəfindən yeni taktik və ya strateji qurulmasına düşünmək lazımdır hər zaman. Doğru. O bəhslərə gələcəyik, amma federalizmdən sizin partinin, çoxlu yəni federalizm var dünyada, siz də dünən işarə buyurdunuz. Federalizmdən sizin partinin tərifi nədir? Baxın, Cavad, təşəkkür edirəm sualdan. Federalizmin əlbəttə ki, çox çeşidliləri var. Yəni, federalizm bir ölkədə qurulduğunda oranın özəl şəraitinə bağlı olaraq qurulmaqdadır. Yəni, oranın siyasi, ictimai, kültürel, iqtisadi vəziyyəti, iç siyasətləri, tarixi siyasətin oluşumu əsasında qurulan bir siyasətdir. Yəni, onu qabaqcadan təyin etmə deyil. Bir də orada güclərin dəngəsinin, yəni güclərin balansının nəticəsindən meydana gələndir. Yəni, nə gücdə onu, hangi güclər onu əldə edirlər ya etmirlər, orada biraz fərqlənir. Amma genel baxımda o federalizmin tərifi və formu çox fərqli deyildir. Yəni, qalıb ki, biz, yəni, klasik tərif var, klasik tərifi meydana qoyulur. Amma biz onun klasik tərifini nə qədər o qədər əldə edə bilərik, nə qədər ondan az əldə edə bilərik əgər gücümüz az olsa, nə qədər ondan çox əldə edə bilərik gücümüz çox olsa. Məsələn, federalizmdən də bir qədəm məsələ konfederalizmə tərəf o güc balansına ya güc dəngəsinə gələn bir şeydir. Ona görə biz indi yəni klasik formada federalizmdən tərif məsələsi meydana gələndə bir dövlət yönetim sistemidir ki, orada güclər mərkəzi dövlətlər, yerel və ya bölgəsəl dövlətlər arasında paylaşılır. Bu bu federalizmin mərkəzi dövlət və yerel bölgə ya yerel dövlətlər ya bölgəsəl dövlətlər arasında paylaşılan yetkililər və sorumluluqlar fərqlidir. Məsələn, ümumiyyətdə mərkəzi dövlətə federal sistemdə genel yetkililiklər, məsələ deyək, xarici işlər, xarici siyasəti, ya diş işlər siyasəti və ya pul siyasəti və ya müdafiə siyasəti kimi, yəni genel sorumluluğu mərkəzi dövlətə verilir. Ondan qalan siyasətlərin hamısı yerel dövlətlərin vasitəsilə əməl olur. Məsələn, deyək, sağlamlıq haqqında siyasət, eğitim haqqında siyasət və bu kimi siyasətlər yerel dövlətin ixtiyarında qoyulurdur. Siz də Kanadalısınız, onun misallarını yaxşı bilirsiniz. Amma federalizm sisteminin haqqında biraz daha bir 3-4 tane cümlə deyim, daha yaxşı olsun. O tərifi biraz daha təkmilləşsin. Federal sistemində, federal bir yönetim veya sistemdə bir ölkənin çeşitlilik olduğu durumda, mesela etnik, milli çeşitlilik durumunda en uygun bir siyasi sistemdir ki, eləyə bilər o çeşitliliğe bir çözüm bulsun ve onun çözümüdür diye ele almaq olar. Yani çeşitliliğe bir çözüm ve həllidir. Eyni halda federalizmin başka yönden tərifini artırabilirsek bir olacak ki, federalizm siyasette o güc mərkəzlərinin çox çeşitli olmalarına görə, yəni iyalətlərdə ya bölgələrdə dövlətlərin qurulduğuna görə, çoxlu siyasi mərkəzlərin qurulduğuna görə xalqların, insanların siyasətlə yaxından uğraşmasına səbəb olur. Yaxından siyasiyə müdaxiləsinə səbəb olur. Və o cəhətdən də bugün mövcud siyasi sistemlərin içində daha demokratik bir siyasi sistem veya yönetim sistemi sayılır. Çünkü ne kadar xalqlara, insanlara bir sistem yaxındırsa ve ne kadar insanlar o sistemde müdaxilə edirsə, o kadar o sistem demokratik diye adlandırmaq olar. Bu, yani genelde federalizmden bir tərif kimi sizin xidmətinizə suna bilərəm. Çok sağ olun, teşekkür ederim.
İranda federalizm ola bilərsi varmı? Yəni imkanpəzirdir. İranda federalizme bir şans var. Çok yani imkanlı şans var. Ben biraz bunda diyeyim ki ben siyasi analizlerde biraz ehtiyatlıyım. Teorik baxımından, teorik sahədə federalizmi İranda %100 əməli olmasına imkanı var. Mesela bunu diyeyim ki, mesela Türkiye ile kıyas etsək, Türkiye'de federalizmin imkanı olması təqribən sifrə də yenə bilir. Məgər ki, Türkiye'nin iç siyasətində çox dəyişiklik olsunlar, çox güzəştə getsinlər deyə mərkəzi devlətdə fikri sistem dəyişilsin. Çünki orada mesela deyirlər Kürtlər 20-25% cəmiyyət təşkil edir və onun qarşısında olur 75% mesela diye başkaları ve o 75 faizinde 70 faizi belki Türklerdiler. Ona göre orada çok geniş vasıtada Türklerin geniş olması için yani hukuki organda yani mecliste onların yani o 70 faizin daima üstün mövqe olması ve güçlü olması belki Türkiye'de federalizmin gerçekleşmesine fırsat vermiyor. Ama teorik açıdan İranda vəziyyət elə deyildir. Vəziyyətdə, yəni cəmiyyət cəhətindən İranda Farsların, mesela onlar deyirlər Farsların 30, yəni dediklərinə sözlərə görə 30% cəmiyyəti. Amma biz bilirik ki, o deyil. Yəni ondan çox-çoxdur. Yəni deyək ki, 40%'dir. Bəlkə də 45%. Yəni bir də bu Fars məsələsinin olması da bu zehniyyət məsələsidir. Yani kim mərkəzə səs verəcəkdir deyə, mesela Türklər var ki, mərkəzinin düşüncəsinə səs verirlər. Onları da Farslarda, yani Fars toplumundan hesab etməyimiz gerekir. Ama teorik açıdan cəmiyyət sayı baxımından, hətta deyərəm ki, qeyri-Farslar deyəndə, mesela Türklər, Kürtlər, Bəluçlar, Ərəblər, Giləklər, Mazilər, Lorlar, bunları saydığımızda en azı %60'ı təşkil edir. Yəni, o deməkdir ki, cəmiyyət açısından, əgər o cəmiyyətlər özlərinə səs versələr, yəni öz hüquqları açısından səs versələr, gələcək İranın müəssis məclislərində 60'a qədər bu xalqların səsləri ola bilər. Əgərsə 50'dən geçmiş bir səs olursa orada, yəni 51'dən ta 55 faizə qədər İranın gələcək müəssis məclislərində federalist olursa ki, imkanı var teoriken dedim de ədəd baxımından balans vardır. Hətta balans ağırdır da qeyri-fars xalqlara, amma orada mümkündür federalizm. İranda mümkündür teoriken. Fakat fərqi budur ki, biz yəni bu xalqların arasında deyək mesela Kürtlər, deyək Türklər, ələl-xüsus Türklər, ələl-xüsus burada biraz Türklərə yeni bir pəncərə açaq. Ələl-xüsus Türklər üçün çox böyük bir cəmiyyət təşkil edir. Ələl-xüsus mərkəz, yəni mərkəzdə Azərbaycandan sonra başqa bölgələrdə. Əgərsə deyək Türklər 40 cəmiyyətin %40'ıdırlar, həqiqətən %40'ı məclisə göndərə bilərlər. Yəni %40'a dayanan məclis nümayəndəsi göndərə bilsələr ora, yəni məclisə, müəssis məclislərə, qətlən və qətlən İranda gələcək məclis, yəni Kürtləri, Bəluçları, Ərəbləri və demokratların sayılarını mərkəzdə hesablayıb, qətlən 50'dən yuxarı bir orada səs gətirmə imkanı var və əgər 50'dən yuxarı səs gətirmə imkanı olsa, qətlən mütləq demokratik hüquqları İranın gələcək anayasasına yerləşdirmə olar. Yəni, demək olar ki, sizin cavabınızda bəli, İranda teorik federalizmi gerçəkləşdirmə imkanı var, amma qalıb ki, bizlər, yəni biz deyək, Bəluçlar, Ərəblər nə qədər öz xalqlarının səslərini ala bilərlər. Yəni, Türklər Türk partiyalara ya Türk xalqının mənafeyinə çalışan insanlara səs verir o milli məclis, yəni o müəssis məclislərə versələr sonra, verməsələrsə o da bizim yəni axsaqlığımız hesab olacaqdır. Olasılığın neçə faiz görürsünüz? Məsələn, imkanpəziri bu şəraitdəki müxalifdirlər, mərkəzi güclər müxalifdirlər filan, bunları nəzərə alaraq neçə faiz imkan verirsiniz ki, gələcəkdə federal qurula bilər? Olasılıq qəşəng bir sözdür, yəni gözəl bir kəlmədir. İşlətməyimiz türk sözləri danışığında nə qədər imkan varsa işlədək, amma başa düşülsün,
O çox gözəl olur. Ehtimaldır da, Bax, ehtimal gözünün bəli, bəli, önündə. ehtimal, yəni farsça şeydir də, yəni bizimkində təxmin və ya olasılıq sözləri işlənir. Bəli. Azərbaycanda təxmin işlənir və ya Türkiyədə Olasılıq. olasılıq işlənir. Yaxşı, məsələ budur. Nə qədər imkan vardır. Biz bugünkü mən bunu görürəm, bugün biz o güc sahibi deyilik türklər olaraq ki, yəni mərkəzgeralığın, mərkəzçiliğin qarşısında duran ən qüvvətli, genişli qüvvə sahibi olan türklərdir İranda. O da İranda, yalnız Güney Azərbaycan, Azərbaycan, Tehran, Kərəz və kantonlar və yəni bu azınlıq formada yaşayıb, şəhərlərin içində yaşayıb. Çox geniş formada. Biz xalqımızın, yəni bugünkü durumu ki görürəm, yəni bizim təbliği vasitəmiz, əbzarımız əlimizdə yoxdur. Məsələn, İran International kimi bizim bir televizyonumuz olmalı lazımdır. Əhməd Obalı kimi televizyon biz istəmirdik. Və ya hətta bu birisi televizyon... Mümkün də ad gətirməyin özünüzün düşüncələri. Tamam, ona bir daha mənfi, tamam, düz istəyirəm, bir daha mənfi aldım. O birisi televizyon kimi də biz televizyon istəmirik. Biz partiyalara televizyon qoymaq istəmirik. Mən yalvardım ki, bu televizyonu Azərbaycanın və Türklərin televizyonu eləyin. Hizbizin, istiqlalçılığın televizyonu eləməyin. Bu televizyonlar xalqımıza göndərməlidir. Milli maarifləşməyə istifadə etməlidir bu sözlər. Amma kimsənin qulağı bu sözləri eşitmədi. Bu sözləri indi deyil ha. 15 məsələlər vilayələrdən geçək. Yəni siyasi parti siyasi imkanın yaradır. Baxın, o adamlar, baxın, indi tarix keçibdir. Necə biz otururuq deyirik ki, Qacarların bəcərisizliyi bizi bu günə saldı, xalqımızı zəlalətə saldı və onlar eləyə bilər də türkçülüyünü dövlət səviyyəsində rəsmiyyədə tanıtdırsınlar. Biz heç zaman fəlakət çəkməzdik onda. Bir ikinci, ən azı İran dövləti iki dilli bir dövlət olardı. Amma sual soruşmalıyam cənabınızdan. Çünki yetişməyən cinsiyetçə bura. Qoyun bunu qutarım, ondan sonra sözlər. Necə biz onu tənqid edirik? İndi də biz geçmişdə, geçən 20 ildə hangi yanlışlıqlar, hangi xətalar etmişik, buna baxmasaq kinə islah eləməyəcək axı. Kinə indi bir televizyon quracaq, o televizyonu aparacaq, hizbinin televizyonu eləyəcək. Biz rəsmən televizyonlardan sansor, bax, mənim səsim televizyondan sansordur. Yalnız o zaman məni çağırırlar bu televizyonlara ki, o televizyonun sahibi ilə o mövzuda bir məsələdə həm əqidə olsa məni çağırarlar. Ondan sonra məni çağırmazlar. Biz, yəni, qulaq asın, bunu eşitmək lazımdır. Bu lazımdır. Mən o televizyonların aparıcı jurnalistləri deyək da, bərnamə proqramların qulağımla mənə deyiblər ki, yəni bura qoymayacaqsınız, bura Şamilinin televizyonu olsun. Bura Şamilinin televizyonu deyil. Yəni ayda bir dəfə, 2 ayda bir dəfə danışsaq və yetər. Yəni bizim öz televizyonumuz, bizim səsimizi sansürlərsə bu faciədir. Ona görə deyirəm, televizyonunu biz bir media axtarırıq ki, xalqımıza yayılsın, xalqımıza söz desin. Yəni bir hizbin stratejisi, o hizbin xəttir aparmasın. Sizin parti mediasını da yaratmağa gərək çalışır. Yəni bu cür deyil ki, bir ayrı parti özünə bir şey yarada, səs. Və siz nəzəriniz olar ki, onlar bizə vaxt versinlər. Bu cür baxmayın. Biz məsələ... Yəni hər siyasi parti öz mediasını yaratmağa məcburdur. Baxın, yaxşı, siz mənə qulaq asın bu sahədə. Deyək ki, bizim bir dənə bir media imkanımız vardı. O media imkanı... Sizin media imkanınız yoxdur. Yox. Bir dənə partinin bir media imkanı var. İcazə ver. Deyək ki, bir dənə media imkanı vardı əldə. Bu media imkanın sahibi istiqlalçıdır ya federalçıdır. Amma bu adam ki, media göndərir, bu bilir ki, bu toplumda hamı federalçı ya hamı istiqlalçı deyil. Bunu bilir ki, bax, mən əgər federalçıya göndərsəm, onda o birisi kəsimlər ki, başqa düşünürlər, o bundan lazımi bəhrən almayacaq. Burada hər kəs olmalıdır. Cənab Şamili, bu bəhs çox ciddi bəhsidir və mənim də nəzərim budur. Bilirsiniz ki, baxın, mən şəxsi nəzərimdə deyim. Hər media, məsələn, farslar media yaradıblar, Kürtlər media yaradıblar. Niyə çağırmırlar sizi? Yəni, sizi yox. Niyə heç birisi çağırmırlar? Yəni, farsların mediasında siyasilər qədəxandırlar. Yəni, o siyasilər ki, o parti, o medianın ya o hətta parti, baxın, farslıq özü bir partidir. Necə şəriətinin bir kitabı var, gözəldir. Şiə özü bir şeydir, hizbi siyasidir. Farslıq özü bir hizbi siyasidir. Belə görməlisiniz. Farslıq
özü bir hizbi siyasidir. Onun da əsasında faşistləri var, şovinistləri var, mərkəzçilikləri Orada var. eğer o düşünürsünüz şeyde Türkçülük de bir siyasi parti olardı da. Bəli, Türk Ben yeme bizim siyasi partidir. televizyonlarımızda o münəqişə olmur. Baxın, yenə mən qeydim sözə. İstəmirik bu bəhsi davam edək. Amma istəyirəm deyəm ki, hər bir siyasi parti öz mediasını yaradar. Bu dünyanın hər yerində şimdi. Yəni o birisi Ben siyasi medyadan danışmıram. Ben siyasi hizbi medyasından danışmıram. Siyasi Halka hizblər gönderilen media yaradırlar. Baxın, Azərbaycanda da siyasi hizblər media yaradırlar. Yəni, məsələn, adın çəkməyəci yox, amma hər mediaçı görürsünüz, bir dana siyasi partinin səsidir. Tamam? Burada sizin də media partiniz öz mediasını yaratma. Amma eyni şeydə İranda məsələn çoxlu səslər var. İran adlanan siyasi varlıqda bir çox səs var. Partilər var siyasi. Amma onlara da medialarda yer vermirlər. Hətta fars medialarında. İndi buradan geçək. Çünki bu əslən şeyə rəddi yoxdur. Bu her siyasi... halda biz qeydək suala. O sualın hakkı buyur ki, bu sual buyur ki, biz acaba ihtimal var mı? Olasılığı ne kadardır? Yani bugün olasılığı istesek bakaq, bugün olasılığı federalizmin çok zayıftır. Bugün İranda iktidar dəyişirsə... İstiqlalla müqayisədə nə qədər olasılığı var? Elə yəni istiqlalın olasılığı nə qədərdir? Sizin tərəfsiz burada istəyirəm. Burada parti ünvanında istəmirəm. Tərəfsiz olaraq baxanda İranda bugünkü vəziyyətinə, yəni radiolar, televizyolar, bunun vəziyyəti ilə istiqlalın olasılığı nə qədərdir? Federalizmin olasılığı nə qədərdir? Baxın, mən çox elə bir aydın misallar cəhətdim bu federalizm istiqlal məsələsində. Əgər mən deyirəm ki, federalizmdə olasılıq, yəni ehtimal yoxdur, yəni istiqlalın adın gətirmək olmaz onda. Mən sizə bir dünən misal cəhətdim, dedim ki, icazə qoy binam qutu, bunun misalını taşımızı. Mən dünən dedim ki, biz iki binalı, yani biz bir binalı materyalımız, bina düzeldir iki təbəqə. İkinci təbəqə istiqlaldır, birinci təbəqə deyək federalizmdir. Bizim bir təbəqəyə materyalımız var deyirik. Sonra deyirsiniz ki, bu bir təbəqəyə sənin materyalın var. Mən ona ayrı cür baxıram da, mən də ona ayrı cür baxıram. Deyirəm, bizim bir təbəqəlik materialımız var. O da istiqlaldır və ona gedirik. Yəni, əslən, federala sərf eləmirik. Siz bu məntiqi istiqlalda biraz zorakılığa üz gətirirsiniz. Yani federalizm olmayan yerde ben dünenler çok geniş təriflədim ki, federalizm olmağına nə qədər materyallar var. Mərkəz var, Kürtlər, Ərəblər, Bəluçlar, demokratlar, hətta belə mərkəzdən özü... Mən də cənabıza dünənlərə ərz elədim, bu güncənə də ərz eləyim ki, baxın, indi siyasi alana baxaq da, yəni siz ki buyurursa bir millətin 5% siyasi olan. O siyasi alana baxanda görürük ki, Azərbaycanda bir dana federalist təşkilat var. 11 dana məsələn, ya 12 dana istiqlalçı təşkilat var. Məsələn, şeylərə baxanda, Qəşqaylərə baxanda istiqlalçı təşkilat var. Türkmənlərə baxanda istiqlalçı təşkilat çoxdur. Təşkilat bir danadır. Ərəblərə baxanda bir dana, iki dana ərəb federalisti var, amma qalan hamısı istiqlalçıdır. Bəluçlarda bir dana federalisti var, qalan hamısı, məsələn, 3 dana siyasi, özdə güclü siyasi. Yəni, məsələn, federalistlər bir dana hərəkət yaratmağa imkanları əsla yoxdur. Siyasilər, məsələn, Azərbaycanı çıxsıq kənara müsəlləhanə savaşdırırlar. Məsələn, gedir Sipah Pasdaranın şeyini alır. Onun mən sizə cevabını vereyim. Siz fikirləyirsiniz ki, onlar çoxunluqdadır. Onun cevabı, mənim cevabım odur ki, 100 il əsarət və 100 il baskı və 100 il sansorun nəticəsində biz şimdi milli maarifləşməyə istiqlalın şüarı verir, təcrübəsizliğin ta kendisidir ki bu şüarı verir indi. Bakın bizim siyasi grupların içində Kürtlər hamıda bir dəqiqə Kürtlər bu hərəkatda hamıdan təcrübə baxımından, yəni tarixləri də uzundur biraz. Təcrübə baxımından Kürtlər, indi baxın görün Kürtlərin, yəni mən o soruşmağımda bir Kürtlərdən soruşmuşdum, bir də Bəluçlardan. Ki demişlər Bəluçlarda 2 dənə istiqlal parti var, Kürtlərdə bir dənə.
Yəni istərsə o yəni baxın, təcrübəli kəsimlərdə siyasətdə orada istiqlalçı partiyanın ən az formu var və əslən tanınmış deyil, kimsə tanınmış. Amma federal güclər çoxdur. Bizimkilərdə amma bizdə hələ uşağımızın məmləkətdə adını belə qeyd edim, ad qoymağa Türkiyədə imkanımız yoxdur, istiqlal şöhrə. Məncə, mənim şeyim budur ki, bu təcrübəsiz. Radikalizm əsasən təcrübəsizlikdən qaynaqlanan bir faktordur. Ki, biz bir şey istəyək ki, deyirsiniz ki, federalizm olur, federalizm olur, bəs istiqlal olar. Yəni, bu sualı hər kimə versəz, siyasət bilən adama, deyəcək bu federalizmə ki, məmləkəti qırmayacaq, bir dəqiqə, məmləkəti qırmayacaq, məmləkəti sındırmayacaq, çıxsın eşiyə. O içində bir iş görənmir. Sən bizə məmləkətə ayrıcıq o olar. Tamam, mənim sözüm tamamdır. Nəzərlərini danışırıq, amma vaqiyyət siyasi alana baxanda mən siyasi alana baxıram. Yəni o meydan ki, orada indi siyasət gedir, siyasət fəaliyyət gedir, ora baxıram. Yəni millətə hələ baxmıram. Mən millətə baxanda məsələn traktorun müsabiqələrini görürəm. Mən şeyə baxanda məsələn 85-i görürəm. Mən yox, elə ikimiz də ora baxırıq. Sən də ora baxsan, mən də ora baxıram. Amma indi məsələn Əhvazda olan siyasi təşkilatlar ki, istiqlalçıdırlar. Cəbhə Azadi Bəxş Əhvaz, Cəbhə Ərəbiyyə Azadi Bəxş Əhvaz, bir dənə ərəbisi bunun kəlməsi izafədir. Cəbhə Demokratik Mərdumiyyə Əhvaz, Hərəkət-ı Nəza ki, bu iki yerə bölünübdür. Biri ehtimalən biraz federalçılaşdıqdır, biri istiqlalçıdır, bilirsiniz. Cünbüş Azadi Bəxş 15 Nisan azadlıq şey üçün Bəraya Əhvaz, Cəbhə Demokratik Əhvaz. Bunlar istiqlalçıdırlar. Bəluçlara baxanda icazə buyurun birincisi Abdülnasir əgər istibah edən Abdülmalik Ricinin rəhbərliyi ilə olan təşkilat bölünübdür əlbəttə. O təşkilatla Ceyşul Ədl olaraq indi siyasi və müsəlləhanə savaş aparır istiqlal üçün. Bəluçistan Raci Rəzmbəxş, Zərmbəxş, Zərməş. Bunların adları... Zorunbeş dadır onun. Zorunbeş. Mən bağışlayayım, bu bəluçi adları gəlmişəm ki, hindi dili. Bəluçlar bağışlasın. Ona görə qalıram. Zorunbeş Acuiye Bəluçistan. Mən yenə də bu hindiliyə yaxındır da, bilirsiniz, bunların dilləri çünki hindilə bağlıdırlar. Zorunbeş Azadi Bəluçistan FBM. Və özümüzdə də ki, bilirsiniz daha nə qədər şey var, istiqlal var. Yəni, istəyirəm ki, o 5% ki, ad aparırsınız, o 5%-ın 6%-ın istiqlalçıdır. Yəni... Ya, bəşliyim, mən o cəsi dedim, biraz güldaz, amma o 5%-ın deyək ki, 90%-ı istiqlalçıdır. Siz fikirliysiniz. Yoxdur, mən alana baxıram. Azərbaycanda 12 dənə parti var, 12 partini mən dəvət eləmişəm. 12 partinin biri istiqlalçıdır. Üzrəm, biri federalçıdır. Qalan partilər hamısı istiqlalçıdır. Yəni, bir sual soruşa bilərəm. Bəli, təbii ki. Ona görə biraz, yəni, bu sahələrdə formalizmi deyil, köklərə baxmaq lazım. Sizdən sual verirəm. Bu təşkilatlar, Azərbaycanın bir aktivistləri var. Məsələn, deyək ki, traktorda görürsünüz, o yanda, bu yanda təzahüratda aktivistlər var. Azərbaycanda bu milli fikir daşıyanlar var. Bu təşkilatlar ki, adını çəkirsiniz 10 dənə, 15 dənə, 12 dənə, neçə dənə bu cəmiyyətin üzvlərində nə qədər üzvlər var? O qədər ki, sizin də üzvünüz var. Yox, 1% üzvü var. Onların aktivistlərin. Sabahları onu deyərəm. Aktivistlər, yox, siz büyünü deyirsiniz, büyündən danışırsınız siz. Sabahı biz bilmirik. Bu günləri mən deyirəm ki, siyasi alana baxıram. Baxın, mən siyasi alan deyirik da, siyasi alana baxanda deyirəm ki, bir nəfərlər var, bireylər var, bəlli adamlar. Yəni, məsələn, cənabınız da dünən apardınız, filan məcəllə çıxır, filan şey çıxır. Bunlar çox bireydirlər da. Bir də gəlirik şeyə var. Məsələn, təşkilatlar var. Siyasi alanda. Mən biriyəm. Mən özüm istiqlalçı biriyəm. Cənabınız partisiz. Fərqiz məndən budur. Mən partilərə baxanda cənabınız burada, məsələn, mən dəvət elədiyim bu proqrama hüquqi şəxsiyyətlər, yəni partilərdir.
Cənabınızın da mən bəzini Sizin indi bu danışıqlarınız hamısı fəqət cəmiyyət təbliğisi var. Yəni təbliğ yox edirsiniz. Biz təbliğatını istiqlal, eləmirəm. baxın, Yox mən yəni siz mən sizə o suala gələcəm. Azərbaycanın mən sualı verməzdim ha sizə bu sualı. İndi siz çox danışdı deyirəm. Azərbaycanın aktivistləri də milli aktivistlər. Onlar ki türk olmalı, milli kimliyinə ağalıq tapıblar. Neçə dərsədi bu partiyada? Bir dərsədi bu partiyalarda vardı. Bir dərsədi imkanı yoxdur olsun. Hətta bir dərsədi də bu partiyalarda. Mən oraya keçmirəm. Əslində oraya keçmirəm. Siz də bilirsiniz ki, yox, siz də bilirsiniz ki, bizim içəri ilə irtibatımız mən qulaq as, mən bir partiyam düzdür. Amma gəlin sən mən içəridə nə qədər istəyirsiniz Azərbaycanın və türk fəalların, aktivistlərin, zindan edənlərin, məcəllələr çıxardanların, dərgi çıxardanların adını aparım ki, orada o cürdülər. Yəni, mühüm adamdılar, ceyni xət verən adamdılar. Xət verən, düşüncə sahibləri. İçəridə Azərbaycanda. Vaxtimizi burada öldürürlər. Çünki bu bəhs. Ona görə cəmbiyi təbliğ. Baxın, indi sizin sayınızdan bir nəticə aldım. Ki, ərəblərdə, ərəb toplumu da Azərbaycandan sonra ikinci siyasi təcrübəsiz cərəyandır. Əgərsə o qədər istiqlal tələbi var. Tamam versaq beləsi doğrudur. Yəni siyasi keçəcəyimiz yoxdur. Amma bu anlamda deyil ki, siyasi deyilik. Yəni bir siyasi düşüncəmiz var. Ələn cənabımızın siyasi düşüncəsini danışırıq. Yəni cənabımızın yox, partinin siyasi düşüncəsini danırıq. Öncədən Salih bəy Yıldırım cənabları lideri olaraq Güney Azərbaycan İstiqlal Partisinin düşüncəsini danışmışdıq. Sabahları da, sabah yox bir gün, o birisi Azərbaycan Mərkəz Partisinin düşüncələrini danışacağıq. Yəni, biz indi burada həm bir təbliğat da əslində, siyasi bir təbliğat edirik. Amma burada heç partini də təbliğ eləmirik. Görürsünüz ki, parti təbliğ biz, yəni sizlə mən danışıram. Məsələ də, yəni o yox. İstəyirəm o deyim ki, baxın, meydana ikimiz də onu görürük da. İki dənə meydan yox ki, bir dənə meydan var. Doğrudur. Fəqət amma iki dənə gözlük var burada. Bu gözlüklərin hamısı realistlər, o söhbət var. Yəni, bu da ayrı bəhsdir. Mən ona görə deyirəm ki, onu adları ki, sayısız partiyaların adını, mən məcbur olaram sizə sual verim ki, hani orada 50 dənə partiya sayın, hərəsinin əgər 5 dənə, 15 dənə, 20 dənə üzvü vardı və məsələn 50 dənə üzvü vardı deyək, 50'sini təmin edəsəm, məsələn, traktorda gedilir orada, məsələn, 70 bin adam gedilir orada, məsələn, 60 bin, 70 bin adam olur. Məsələn, deyək ki, 10 dənə partinin hərəsinin 50 nəfər olar, 500 nəfər. 500 nəfəri böl 70 minə görə neçə faiz olur onun. Fəqət traktora gedənlər, xalqın yox. Çünki sən onun heç bir faizi də olmaz. Amma siz qulaq asın. Bu bəhslərdən çıxacaq. Yox, qulaq çox mühümdür. Baxın, siz onda ad sayısınız. O 10 dənə ad, o traktora gedənlərin bir faizi olmur. Xalqın yox, traktora gedənlərin. Şuarlar ki verirlər, görürük istiqlal şuarıdır. Mən bura görə deyirəm. Yəni traktorun mən aşığı deyirəm ki, mən futbolda deyirəm. İstiqlal şuarı, nə istiqlal şuarı verir? Məsələn, Azərbaycan is not İran. Adam gelir dinləmə da çəkir. O istiqlalcı şuarıdır. Tamam. Azərbaycan biri olsun, mərkəzi Təbriz olsun. İstiqlal şuarıdır. Yəni bu istiqlal şuarıdır. Dövçünün şuarıdır. Yaxşı. Bakın, şuardır da, yəni istiqlal. Bakın siz Azərbaycan var olsun, istəməyən kör olsun. Azərbaycan var olsun, istəməyən kör olsun. Bu kiminə hədəf tutubdur? Bu İrana hədəf tutubdur. Mənə hədəf tutubdur. İndi diqqət edin. Biraz o mövzularda tamam. Bir dənə o plakartı ki, apar içəri onu yayır orada İran elitinat Perşiya. Onu 2 nəfər, 5 nəfər aparırlar. Onlar aparır, 70 minə varmı ki? Görürsünüz ki, o, məsələn, plakardın dalısında görürsünüz, adamlar şu, məsələn deyir, çağırsan gələrəm mən, sən yaşa Azərbaycan, bunu şey demir ki, məsələn, 3 nəfər demir ki, bunu bir stadion oxuyur. Olsun, Azərbaycan söhbət deyil. Baxın, bu bir daha istiqlal şuarı var orada. O da İran'dan bir əvə gəldi. Mən keçənlərdə ərz elərdim. Şuarı verəndə bilirsən, traktorda ırqıcı şuarları verirlər. Traktorun şuarında rəsmən ırqıcı şuarları verir. Onlara kim sahib çıxacaqdır? Ki rəsmən mən sahib çıxıram. Onlara mən sahib çıxıram. Mən sahib çıxıram. Çünki deyirəm bu, bir dənə əksül əməldir. Irqıcılığın qabağında özünə devam deyir, sən əgər farssan, mən də türkəm. Qutuldu getdi. Yəni bunun məsuliyyəti də bizə gəlir əslində. Yəni siz də bundan qaçanmazsınız ki.
Deyəməsən ki, mən federalistim, qaçıram bundan. Qaçanmasan. Çünki orada o adam əgər bir haqq Ürgütlü istəyir, şuarı verir, ondan himayet edeceksin ürgütlü şuardan. siz Bence İran İslam, oradakı bence şu adam hani ya İran'ın gərək bize ayet ettiği altının 50 evvel yıkıp oraya ürgütlü şuarı verirse sen ona himayet edeceksin. Bizimki diyelim sana. əgər qərar o cür gedəsiz ha, onda əslində gərək içərikdən irtibasını qət edəsiniz. Bu da bir Yo, bax. o cür de değil. Yox, Tarihli adamlar var. Tarihli adamlar var. Asla o cür değil. Herkesin yeri bellidir. Orada da adam Yok, bir tane bir demek gelirsen bilmirsen kimdi. 5 tane cavan, 10 tane cavan girişimde orada ırgıtı şuarı verirler. Mecbur Fars değiller. Buna göre dedim bu bəhsə girməyək. Çünki orada vaqiyyət budur. Əgər adam gəlir deyir ki, traktor nə qədər uduzursan uduz, mən bura gələcəyəm, bizə traktor önəm daşımır. Bizim o bir siyasi düşüncəmiz daşıyır. Baxın, yəni bunu eşidirik da, bunu eşidirik. Yəni ya gərək görməyəsiniz. Traktor məsələsində məncə bizə ehtiyatlı olsa daha yaxşı olar. Tamam. Bu bəhs ehtiyatlı olsa daha yaxşı olar. Çünki onun da aslında 100 tane de oyunlar ola bilər. Məncə traktorda verilən o düzgün şuarları himayət eləməliyik traktoru verirlər. Düzgün şuarları. Amma ırgıcı şuarları, antifars şuarları filanları ki, bizi xərablasın, Türkləri xərablasın, farsları hamını bəsit eləsin bizim əleyhimizə şuarlanan, onların kuşkulu olmasın. Məncə bəsit olmasın. Bizim ihtiyacımız yoxdur ki, biz əslən farsları bəsit ediyor. Farslar 100 ildir bizim əleyhimizə bəsitdilər. Əslən mən dedim, farsçılıq, dünən də bunu sualı soruşdum, farsçılıq özü ziddi türk bir hərəkatdır, qutuldu getdi. Yani sen sabah siyasi hareket yerinde bu cür düşünsen, faaliyet edemezsin ki daha. Kutuldu, ciddi desem kutuldu yani. Buna göre istiklal olmuş. Ben cəmiyyəti olsam, müsahibədə dedim ki, məndən müsahibə edirdilər. Dedim, belə gedirsə biz istiklal olacaq. Çünki Fars bunun məni rəsmiyyəti tanımayandan sonra düşüncəmi də rəsmiyyəti tanımır, millətimi də rəsmiyyəti tanımır. Təbii ki, mən onun qarşısında duracağam. Yani burada bir daha bir yanlış düşünce var. Bence o size bir şey hak verecek Fars. Hak alınmalıdır, verilməlidir ki. Tamam, mən onda niyə gərək onu şey eləyəm, rəsmiyyəti tanıyan ki. Kimi rəsmiyyəti tanıyasan? Farsı. Bizim bakın, hak alınmalıdır. Gücün olsa alacaksan, gücün olmasa... Təbii ki, mən o cür tərif edirəm haqqı, ona görə də bu ondan sonra... buradan gedək, çünki bu bir daha bu söz deyim, bu cümlə deyim tutarım. Bakın, amma biz gələk orada ırkçı şuarlar verək, onda himayət eləyək, onlar da sabah gəlsin, daha çox versin filan, yani heç kəs onu qınamasın. O bizim kökündən zərərimizədir. O Azərbaycanlılar özün qaçın tərəflər. Diğer apablar qanqan deyirlər var. İranda futbol kollər söyüşlə gedər qabağa. Yəni, mən onların şuarlarını bu söyüş fərqli söyüşdür, bu fərq edir. Birbirine yaman desinler ama milli şuarlar içinde gəlsinlər, ırkçı şuar zərərli bir şeydir və Can Şamil, bu bəhsdən çıxaq kənara. Bu bəhs çox şeydir, yəni qabili deyil ki, tarix, əfəndim, ben gəlirsiniz, əsəbiyyətdən danışırsınız. Bakın, sizdə bir şey, sizin danışıqlı, mən bunu sizdən ötürü deyirəm. Sizin danışığınızın arkasında acayip bir əsəbiyyət oturubdur. Və onu əsəbiyyəti... Tarixi 100 il əsəbiyyəti biləsən, mən danışıq... Bir danışaq. Qoy mən deyin qutarsın, sonra siz deyin. Qoy mən deyin da. Tutarmamışam o sözünü. Ben tutarmamışam. Bir dəqiqə mən deyim, ondan sonra siz deyirsiniz də, baxın. Buyurun. Mən bir daha əsəbiyyət görürəm sizin arxazda və bunu hər kəs qulaq atsa burada indi sizin əsəbiyyətinizi danışıq tərzdə görər, hissi var. Yəni duygusal rəftar edirsiniz və dilinizdə bu şiddət cümlələrini gətirirsiniz. Mənim nəzərim budur ki, tamam, yəni nə ki biz tariximizi bilmirik, bizim başımıza nə gəlib. Biz burada siyasətdən danışırıq. Duygusallıqdan, şiddətdən, ırqçılıqdan, birinə filan. Bizə belə eləyiblə biz də onlara eləyəcəyik, reaksiyadan deyil. Bu siyasətdir. Dünyada, tarixdə milli məsələ bizimki də ki, tarixdə buna uzun siyasətlər yürülüb. Çox uzun müddət. Biz soyuqqanlılığı və düşüncəyə dayanaraq və bu duygusallıqdan uzaq olaraq danışmalıyıq. Yoxsa ziyan verici olar. Mən görürəm, daima reaksiya verirsiniz.
Yəni reaksiya da hissidir, yəni məntiqidir, yəni istidlala dayanmaq deyil. Hətta burada dediniz ki, irqçılıqdan da bizimkilər dolar. Bilməyərək ki, niyə narahatçılıqdan? Bu bəhslərimizdə narahatçılığımız kənarda olsa məncə çox olumlu olar. Yəni biz də bilirik başımıza nə gəlir. Siyasi bəhslər bir yerə, amma o iki görürük traktorda gedir bir şey verir. Mən bunu istəyirəm cənabınıza açıqlayam. 100 il bizim millətimiz istismar, işğal, istismar, ondan sonra tohin, təhqirin altında qalıbdı. İndi kimin təhqirinin altında, kim bizi 100 il təhqir eləyibdi? Fars mərkəzli baxışlar. Hətta farslar. Yəni bir dənə Məməyyəndən Pəpəyyənəcən Əhmədinəcad deyir. O Cəssəs görürsünüz ki, Farsa tohin eləyir. Yəni özünə əsən haqq görür. Təbii görür. Deyək ki, məsələn, Türkiyə falan. Ha? Burada mənim millətimin də haqqı var ona. Dəqiqən, yəni həman silahına savaşacaq. Yəni bu, mən siyasi olaraq qəbul eləməsəm də, baxın, mən siyasi bir düşüncə olaraq qəbul eləməsəm də, millətimiz o silahla ki, o bizlə savaşır, onunla savaşır. Yəni, mütəəssifanə bu bir şeydir. Yəni, real səhnənin, meydanın savaşıdır. Meydanda o bizi 100 illik edam edir, kodita edir, vurur, öldürür, zindana salır, mühakimə edir. İstədiği, özü nə cür mühakimə? Dadilgah, dünən necə dadilgah nizami idi, bugün dadilgah inqilabdır. Yəni, bunlar, baxın, bunları biz görmədik, tuta bilmərik ki, biz dadilgahda, biz məhkəmədə mühakimə olmamışıq keçən 100 ildə. Biz ya dadilgah nizamidə, yəni ordunun məhkəməsində gizli mühakimə olmuşuq, ya dadilgah inqilabda mühakimə olmuşuq. Bizim buradan siz gözləyə bilməzsiniz ki, bizim millətimiz niyə, məsələn, farslılara deyir ki, məsələn, ölsün. Niyə ölsün? İcazə var. Baxın, mən demədim ki, bizim millətimiz nədir demir. Mən sizinlə danışıram. İdayət bəylə danışıram. Mən də dedim ki, bu millətimiz nədir? Baxın, bir dəqiqə. İndi mənim növbəmdir. Bir dəqiqə. Mənim növbəmdir. Baxın, mənə rəayət edeyim bəs. Baxın, siz jurnalistsiz, elit camiəsiz. Küçədə bir insan bir şeydən narahat reaksiya və yaman deyil, nə edir? Normal insandır, bu işlər görür. Siz məndən jurnalist kimi danışırsınız. Yəni, mediada adamlar baxacaq buna. Bizim özümüzçilər hətta, bizim özümüzçilər bizim dilimizdə şiddət görsələr, onun içində qan görəcəklər, təhlükə görəcəklər, öldürmə görəcəklər falan, diskinərlər. Yəni, biz düzgün, yəni, siyasi dillə danışmalıyıq ki, həm qabili fəhm olsun, həm orada şiddət, xuşunət, ölmə falan zat, yəni bu onda zehni açılmaz. Bir dənə sual soruşum. Baxın, bu çox belə sülhü tələb bir baxışdır. Məndə bu cür idi. Mən özüm şəxsən bu cür idi. Amma baxın, indi sabahları İran çərçivəsində bu rejim getdi. İran çərçivəsində federalist istədiniz, vermədilər. Neyəcəksiniz? Nə cür? Vermədilər. Sabahları Cumhur İslami getdi, bir dənə məclis quruldu. Məclisdə federalizmə yaxın gəlmədilər. O cənabız balansı dediniz daha, güc balansı dediniz. Neyəcəksiniz? Nə qədər imkan vardı, İranda məsələn, mənim millətime heç bir iş görənməsə, haqqı ala bilmərik mümkündür. Eyni çəçənlər Çəçənlər neynirlər? Çəçənlər neynirlər? Bax, bu suala cavab verin. Çəçənlər neynirlər Rusiyada? İcazə buyurun, mən sualımı tərrahlıq edeyim. Sonra cavab verin daha. Deyirəm ki, yəni 100 il bu işğal, istismar, qətliamdan sonra ki, biz qətliamda yaşırıq indi. Yəni, məsələn, hətta Zəngzindəki azadi qətliamda, bunu mənim tərifim. Mən bilmirəm, siz nə tərif eləmişsiniz. Onlara yetişsək, onları da soruşaram. Amma mənim tərifimdə, əgər bir milləti öldürürlər və qorxudurlar, millət qorxur ki, dağ qalxsın ayağa, bura qətliamdır. Qətliam bu da ki, hamını öldürərlər. Qətliam budur ki, bir dənə vəziyyət yaradarlar, orada insanlar danışa bilməyərlər, haqqlarını istəyə bilməyərlər. İcazə eləsən, mən bura bir cavab vereyim. Qətliamda insan öldürmə söz konusudur. İnsanın canın alma söz konusudur. Sənə izni verməyələ, izhar nəzər eləsən, onu qətliam saymaq, huquqi cəhətdən mənasızdır. İnsanın canı mühümdür. İnsanı öldürməyələr. Siz onu ölüb, yəni öldürürsünüz, güllənir insanın başına. Onunla
Gəlsiz birini qoymurlar azadlığı var sözünü desin, ondan o bir Yox, yox. qoysun. Xəfəqandan danışmıram mən. Xəfəqandan danışmıram. Öldürür ki, siz danışa bilməyəsiniz. Ha, Bax, öldürməyiblər sən bizi. zindəki İndi azadlığı bakın, saldırıram biləsə. indi bizlərdən Sən çox zindəki öldürürlər ya azadlığı yaxın bəluçlardan. təcrübədir. Bir dəqiqə. Çünki sən zindəki yaxın təcrübədir. Onu misal vururam. Orada qətliam olur ya yox. Harda? Sən zindəki azadlığı. Qətliam dərəcəsinə yetişməyibdi. Tamam, tamam. Qutulduq. Bugünkü Tərifimiz uğurda fərqlidir. Mənim tərifim fərqlidir. Mən sizin özüm tərif tərifiniz edirəm. ola bilməz. Mən tərif Elə odur bax, edirəm. Mən sizin hər şeyi sizin tərif edirəm. tərifiniz ola bilməz. Cənab Bugün bir hüquq var, huquqa Cənab Şamili, beynəlmillər var. Cənab Şamili, huququ mən Qətliamda yaradıram. tərif var. Cənab Şamili, huququ mən yaradıram və mənim tərifim üstündə. Sazıman-ı Miləldə də hüquq taza təriflərin üzündə değişir. Siz tərif eləməsəz yarada bilməzsiniz. Siz əvvəl parti olaraq, insan olaraq, bir düşünür olaraq bir şeyi tərif edirsiniz. O tərifin üstündə dayanırsınız, onu dünyaya aparırsınız. Bilirsiniz? Məsələn, mən indi qətliamı tərif edirəm. Özüm, İnsaf Əli Hidayət olaraq. Heç kəs də bunun arxasında deyil. Deyirəm ki, qətliam ibarətdir bundan. Çünki qətliamın özü, adamın öldürmək sayı hesab deyil. Sayı hesab deyil qətliamda. Təsir hesabdır. Qətliamı adam öldürür, ləzzət aparmaq üçün öldürmürlər. Yəni getmirlər, məsələn, şikar eləyərlər, deyərlər ki, ya yiyəcək, ya yeməyəcək. Onda Qətliamı bilirsiniz, nəticəsi nə olar? Biraz da mənə fürsət verin. Nəticəsi bu işin bilirsiniz nə olar? Hidayət bəy qətliamı taza tərifləsə, apararlar, qoyarlar cəmaətin qarşısına bu qətliamı. İndi bax cümlələrinizdə bir söz dediniz, məsələn, faslar belə edirlər. O cümlələri oradan çıxardarlar. Apararlar Vizarət İttilaatı sistemi amuzuşisinə, deyərlər, bunlar fasları öldürmək istəyirlər. Cümlələrdən. Ya deyərlər qətliamı baxın, bu adam, bu insan deyir ki, yəni icazə vermə, yəni qoymurlar, azadlıq yoxdur, izhar nəzər eləyənmir, fikrin deyənmir, bu qətliamıdır. Onun mənfi təsiri var. Deyərlər, buranın düşüncə tərzi nədir? Nə cür adamlardır bunlar? Tamam. Yəni siz gərək normativlərin, biz yəni gərək normativlərə uyan, anlaşılan sözlər danışaq. Cənab-ı Şamili, əgər normativə uysaz 100 il bundan, 300 il bundan sonra da İranda nə demokrasi olar, nə də Azərbaycan hökumət qura bilər. Ya federalizmə əsr getməz. 300 il Nə cür hökumət Azərbaycan, nə cür hökumət quracaq? Sən millətvə ayırtman lazımdır. Baxın, siz gözləyirsiniz, sizin danışığınızda, bir dəqiqə, sizin danışığınızda, bir dəqiqə, tamam. Sizin de danışığınızda... Cənab Şamili, mənim sualım yarımçılıq qaldı. Qoy sualı soruşum. Əslən, mən özümü buna bizə tozih verməyəcəm sizə. Yox, verin. Yox, verməyəcəm. Baxın, sorun bu idi. Əgər buradan 100 il işğal, istimar, qətliam getmişik. Əgər bundan getdiniz məclisə, siz bir dana məclisin quruldu, orada da federalçılar rəy gətirə bilmədilər, qanun əsasını değişdirərlər. Azərbaycanın 100 il, 200 il, 300 ildə siz xüsunətdən qaçaq, yox, razısız qala bu vəziyyətdə? Sizin cevabınızı verdim. Çəçənistan da bizim kimin istəyir. Çəçənistandan danışmıram, onlar özləri bilərlər. Mən Azərbaycandan danışıram. Baxın, biraz dəqiqən qulaq asın, lütfən. Çəçənistan milli hökumət üçün savaşdı. Gücü yoxu da alsın. Və 30'lu savaşı qətldə ammıdı oldu. Orada qətlam olubdur. Və topraqları, ölkələri toprağının yeksan oldu. Bu iş siyasət işi dilinə, hissinə, şuarla əldə olmaz. Diqqətlə güc toplamalısan. Və görmürsən ki, nə ələ edə bilərsən. Elə söz burada bu istiqlal federalizmdə budur. Sən gücü toplamalısan ki, nəyə əldə edə bilərsən. Zəkavət deyir bir siyasiyə ki, sən bu gücü toplayıb bu qədər ələ ala bilərsən. O işi görə bildin, bir haqqə sahib olarsan. Yox, görə bilmədin, bir iş görə bilməsən, ne necəsən? Terör salarsan yola, bir organizə düyərsən, onu vurarsan, bunu vurarsan, 5 dəfə öldürərsən, 5 dəfə səni öldürər, amma xalq bir yerə çatmaz. Bu zor işinlə deyil. Burada zəkavət mövzusudur siyasətdə. Zəkavət. Sənin mənim görəvimdir ki, hesablayaq ki, biz hansı gücünə nəyə əldə edə bilərik? İndi gəldik, dedik ki, getdik oraya müəssisəsinə gördük, xeyr, bizim orada rəyimiz yoxdur, oradakı olan rəylər bir mərkəzi hökumət düzəldəcəklər də bizim rəyimiz çatmır. Orada silah çəksək də işləd eləyəməyəcək, sayımız azdır da hər halda. Yəni,
o məclis Yox, bir mərkəz. yox. Orada mümkün də Azərbaycanlılar əksəriyyətdə olar, amma İranda əqəlliyyətdə olsalar neyniyəcəyik? Azərbaycanlılar əksəriyyətdə olan nə demək yəni? Onu başa Məsələn, düşmədim. məclisdə gördük ki, Azərbaycanlılar əksəriyyətdədirlər, sizin məclis dediniz, yəni məclis müəssisəsində. Yəni Bizim Azərbaycanlılar kimi fikir orada olan edənlər. sizin kimi fikir eləyənlər, yəni federalistlər məsələn deyək. Hə. Ya Azərbaycanlılar da belə deyək. Azərbaycanlılar Azərbaycanlılarda bir şey yoxdur, türklər var. Bir dəqiqə mənə Türklər var. Siz bilmirəm niyə qorxusunuz türklər sözünü işlətmirsiniz. Azərbaycanlılar işlətirsiniz. Bir dəqiqə. Buna görə ki, deyirəm sizin də teorizdə 2 dənə mərhələ var. Bir mərhələ Azərbaycan, bir mərhələ İranda yaşayan türklər. Tamam? Sizin də teorizdə Azərbaycanda yaşayanlar da türklər də. Bir dəqiqə. Getdik gördük məclisdə, o məclisi müəssisəsində Azərbaycanlılar və türklərin hamısı, İranda yaşayan türklərin hamısının nümayəndəsi deyirlər ki, biz bu haqqları istirik. Amma əksəriyyət məclisi müəssisəsindən o haqqı vermədi. Baxın, yəni əqəlliyyətlik orada. Əqəlliyyət yox. Azərbaycanlılar və türklər əqəlliyyətdədirlər deyək. Beləsi fərzi qoyaq. Tamam. Vermədilər. İndi əcəba siz pişəvəri kimi qeyd edəcəksiniz. Azərbaycanın müstəqilliyi üçün Azərbaycan orada özlüyünə olsaydı müstəqil olardı ya federal olardı. Amma tüm İranın içində azlıqda olur. Çünki farslar, məsələn, Kürtlər falanlar istəmədilər. Bizim haqqımızı ki istirdik, özümüzdə layiq görürdük, gücümüz də var idi, onu qəbul eləmədilər. Burada sual. Əcəba pişəvəri kimi qeyd edəcəksiniz, silah götürəsiniz, millətimizi haqqını alasınız, yoxsa qalacaqsınız ki, yox, 100 ildə biz belə qalmalıyıq İranda. İndi sual biraz formalaşdı. Tamam, qoymursunuz sonra. Sual, yox, deməyin də mən qoymuram, mən gücüm var, siz qoymayayım sual. Hər halda, yəni sual biraz formalaşdı. Tamam. Mən misalıma vurmuşam, mən cevabımı vermişəm. Amma siz yəni qıssa da dedik ki, aqilə bir işarə yetər, o çəçəni vurdum. Baxın, bizim məncə İranda haqları əldə etməyə sənin, yəni İran rejimi ki aşırı yıxılır, sən siyasi, əskəri güc əldə etməlisən. Onu danışmışıq da, keçən cəlsədə danışmışıq, elə deyil. Demişik ki, yəni sahədə sənin gücün olmağı lazımdır. Bir gücün olmağı ki, deyirsən, bura Azərbaycan, bu sınırları qoruyacaqsan. Ki, sınırlardan biri gəlməsin. Orada nə ilə, sopa ilə, dəyənə ilə ki, qoruyanmasan, yəni silahın ola qoruyasan. İkincisi, Azərbaycan öz içində əmniyyət, polis gücü ki, əmniyyət və güvənlik bərqərar olsun. Yəni, sən dedin ki, dedik oyunları, İran rejimi yıxıldı, bizim nə qədər siyasi gücümüz var, deyəcək ki, hamı yəni Azərbaycan toplanmaq lazımdır. Deməlidir ki, məsələn, Qəzvinlilər, Azərbaycan, yəni üstə olursa türklərlə bərabər olmaq istəyirsiniz filan, onda Qəzvinə girən yerdən, bir daha şey burada da Qəzvindən bu yana, yəni o girən yerdə, ya da Qəzvinlər desə, o bizdən olmur da, görə o da gücümüz yoxdur, yəni nə ki söz olacaq. Görürsən da gücümüz olsa meydanda olacaq, olmasa da yoxdur. Olmasa onda Zəncandan girən, Zəncana girən yeri bağlayacaqsan da o yandan Azərbaycana silahlı güc gəlməsin. Kontrol altında normal insanlar gəlsin geçsin. O silah gəlgət şeylə olmasın. Yəni, oranı qorumağa nə lazımdır? Orada bir silahlı adam lazım dursun orada, oranı qorusun da. Yəni, dəyənə ilə, sopa ilə olmaz. İçəridə də bu siyasi silah lazımdır ki, yəni polis gücü da, yəni cavanlar yığışıblar, komitələr düzəlmişdir. Fədai dəstələr deyə də, fədai dəstələr bir içərini qorurlar. Məsələn, bir də mərzi qorurlar. Bir də mərzi qorurlar. Yaxşı, indi gəldik, sonra burada seçim var. Seçim ki, müəssis məclislərə adam göndərəcəyik, nümayəndə göndərəcəyik, rəsmi nümayəndə olmaq lazımdır. Seçim getməli. Bizim Azərbaycanda orada seçim getməli, nümayəndə olacaq. Seçiləcək, məsələn, 5-10 nəvəşli orada ədəd nə qədərdir, məsələn, nə qədər Azərbaycan nümayəndəsi göndərəcək orada. İndi oradan cavab gələcək ki, mənim yazılarımda bu çox təkid olub, çox diqqətlə. O da budur ki, əsasən o federalizm ki, orada məclisdə qəbul olacaq, o yalnız o nümayəndələrin gücü deyil ki, orada o federalizm oraya yazdıracaq. Bölgələrin öz idarə etmə gerçəyi, özlərini idarə etmə gerçəyi, orada oturan məclisdə oturan nümayəndələrə Tehranda deyəcək ki, qardaş, o orada özünü idarə edir. Biz burada yoxu desək, savaş başlayacaq. Diqqətimi çəkə bilirəm nə deyirsən? Yəni, həqiqətən də budur. Əgərsə oradan yox çıxırsa,
Yox çıxırsa Azərbaycanda savaş başlamağı lazımdır. Yəni savaşa hazır olmaq Tamam. lazımdır mərkəzi dövlət. Tamam. Təşəkkür edirəm. Mən sözümü aldım. Yəni bildim nə deyirsiniz. Nə deyəcəyik? Aparacağıq ondan ki, o anayasa el olmalıdır. Məncə, mənim öz nəzərimdən budur ki, biz savaş gücünə hazır olursaqsa, yəni məclisi sıxıntı altına qoyuruq ki, ya federalizmi qəbul et, ya gedək iç savaşına. Onlar da bir dəqiqə, bunu da izah edib, onlar da o məclisdə oturanda görürlər ki, yalnız Azərbaycan deyil ki, burada Kürdistan da həman haldadır, Bəlucistan da həman haldadır, Ərəbistan da həman haldadır, ya başqa bölgələrdə həman haldadır. Onda iç savaş çıxmasın deyə onlar onu oraya keçmək məcburiyyətində qalırlar ya da savaş mövzusu olar. Yaxşı. İndi bizim iç gücümüzü qurduq. İç gücümüzü, yəni qorucu gücümüzü, fədai dəstələrimizi içəridə və eşitə mərzidə qurduq. Nədən gedək istiqlal elan eləməyək əslən? Yəni burada İndi bunu fikir edirəm 10-cu dəfədir ya 15-ci dəfədir sorusuz bu sualı ki, yəni hamısına da cavab tapmışıq ki, orada dedik ki, federalizmə getmədə iç qüvvələri təyin edəcək sənin haqqları, özün yan təyin edəcək haqqı. Xaric istiqlal şüarı verdinsə, daha sən dəyilsən. Daha sən dəyilsən təyin edəcəksən. Xarici dövlətlər səni rəsmiyyəti tanımaq lazımdır. Tamam, və xarici dövlətlər də bilirik ki, bu durumda, yəni biz tanıdığımız dünyada rəsmiyyətə tanımayacaqlar. Hətta qardaşlarımız belə bizi rəsmiyyətə tanımayacaqlar. Ona görə o siyasətə getmək düzgün deyildir. İndi İranda hangi federalizmdən söz gedir? Məsələn, mən Kanada federalizmindən, Amerika federalizmini tanırım. Nədir? Məsələn, Amerikada federal mərkəz dövlət, əgər səhv eləmirsəmsə, bəlkə səhv edirəm, kulli maliyyatın verginin %7'sini ya 6'sını alır. Bu qədər. Və torpaq olaraq torpağı yoxdur. Yəni torpağa malik deyil dövlət olaraq. 3 dana, 4 dana Amerikada 3-4 dana əyalət ki, mərzləri mərkəzdədir, hərəsindən 100 metr, 200 metr, 1000 metr veriblər, deyirlər, burada sən mütəmərkiz ol, idari olaraq burada. Amma bu torpaqlar sənin deyil. Hər kəsənin öz torpağı var, hər əyalətin. Burada amma hərəsindən 1000 metr, 2 metr, 2 kilometr, 3 kilometr alıblar, orada bir dövlət, fəqət dövlət qurublar. Sembolik olaraq bir dövlət var orada, mərkəzi dövlət. Kanadada isə əslən torpağı yoxdur federal dövlətin. Yəni fəqət dövləti, Ontario dövləti deyibdir ki, mənim o ucu bucaqda bir şəhrim vardır, adı Ottavadır. Get orada bir dövlət qur, amma ora mənim torpağımdır, sənin torpağın deyil. Orada dövlət qur, sən də məndən məsələn bir belə maliyyət verəcəm. Bəs bilmirəm, indi məsələn 7%-dir, 8%-dir, əyalətlər, hərəsi maliyyatların verirlər ora. 7%-in, 6%-in, bu cürsə. Yox. Belə bir vəziyyət var, durum var. Sizin bu dediyiniz federal İranda nə cür bir siyasi varlığa, idari varlığa şeydir. Aha, bunu da deyim. Çox biz əvvəlində siyasi var, siyasi burada əlavə edeyim. Federal dövlətin idari sistemi yayınıqdır. Yəni hərəsimiz və eyni halda hətta iç dövlətlər, bu dövlətlərin özünün də məsələn, deyək ki, Ontarionun ki, mən yaşıram, mərkəzi dövləti yoxdur. Mərkəzi şəhri yoxdur. Yəni, parlament, məsələn, Torontodadır. Məsələn, güzərnamə, bu pasport idarəsi, məsələn, bir ayrı yerdədir, əmniyyət bir ayrı şəhər. Məsələn, 1200 kilometr, 1500 kilometr, bəlkə 2000 kilometr uzaqlığa gəlsin, pasport idarəsidir. Bölüblər də elə ki, mərkəz güc bir yerdə toplanmasın. Baxın, mən onu bilirəm. Bax, iki türlü yəni güc mərkəzlərini bölmə var. Onun adı bürokrasini təmərküzün olmaqdır. Yəni, bürokrasi bir şəhərə yığışmasın. Məsələn, idarə edən vizarətxana deyirəm, aman baxanlıqların məsələn deyək, biri burada olsun, biri başqa şəhərdə olsun. Ya böyük idarələr, böyük bonqallar fərqlidir. O, yəni, bürokrasının fərqli ölkələr, yəni şəhərlərə bölünməlidir. O, mən onun tərəfdarıyam, o yaxşı bir şeydir. Çünki orada iş mərkəzi düzəlir və onların o bölgələrdə, yəni, mühüm mərkəz olduğuna görə
onların yəni yəni yaxşılaşmasına, irəliləməsinə, yəni qalxınmasına köməklik edir. O bürokrasinin yaygınlığının olması, o düz işdir. Amma burada bizim de demokrasi bir federalizm məsələsində ondan danışmırıq. İranın sistemi, yani tarihi bir yani jeopolitik ya jeopolitikine baktığımızda yani bölgeler mesela diyelim de Azerbaycan'da bölgeler tarihen mesela İnqilab Məşrutiyyətin tarixində o da qanun əsasına filanına baxımda ya ondan qabaq uzun illər tarihi bölgeler bəllidir da. Hatta bir daha bir merkezde bir mütexassis faşistler bir danışmıştı. Demişti ki sen İran'da federalizm kurulsa etniki federalizm olacak. Sen D meselelerde oturulacak. Çünkü bölümler otursun İran'da. Dedi Azerbaycan bu Kürdistan'dı, bu Belucistan'dı. Bunlar ümdeten orada otursun. Yani sistem otursun. Ona göre biz bence zekavet siyasi deyir ki bizimkilerin de içinde var. Bizlerde, Kürtlerde, Beluclarda filan Ərəblərdə de var. Deyirlər biz milli federalizm istiyoruz. Ben onun müxalifiyəm. Bu sözü biz deməliyik. Ehtiyac yoxdur ona. Milli federalizm nə demək yəni? Türklərin məsələn Azərbaycanda milli hökumətin qurmaq istəyir. Bu da düzləyə kəsən Türklərin hökumətin qurulur üçün Azərbaycanın yəni toprağın hökuməti qurulur. Yəni hər kəs orada yaşayır, sənin vətəndaşındır. Yəni fəqət Türklər deyil Azərbaycanda. Başqaları özlərindən bilməzlər və onlar 5-ci sütun, 5-ci kolon. O düz iş deyil və hüquq baxımından da düz iş deyil. Yəni bərabər vətəndaş haqqından da düz deyil ki, bura Türklərin devlətidir. Bura Azərbaycanın devlətidir. Azərbaycanda yaşayan insanın devlətidir. Bu milli federalizmin adını çəkməyə ehtiyac yoxdur. Sistem odur. Sən Kürdistanda bir federalizm qurulursa, yəni onun dili nə olacaq? Fars olacaq. Yəni onun etnikinə baxdığımızda çoxunluq Kürdlərdir. Ya Belucistan'da ya Azerbaycan'da. Fərq eləməz. Yəni burada çoxunluq, özdə mütləq, çoxunluq. Məsələn, %90 cəmiyyəti bir etniyə bağlı olsa da ona ehtiyac yoxdur. Deyəsən ki, biz milli etnik, elə o cür olacaq. Ona görə o radikalizmin qarşısını almaq üçün, mesela yok biz Türklərin dövlətini quruq yox. Bu bölgede yaşayan Azerbaycan'ın hakimiyyətini quruq. Modern dövləti budur. Modern dövlət deməzlər ki, mən məsələn deyək ki, Almanlıların dövlətini qururam. Ya da arada bir toprakta dövlət kursan, o toprakta yaşayan insanların toprağı dövlətidir o. Azınlıq var, çoxunluq var, olar. Amma onların toprağıdır. Bir nəfər də başqa fərqli adam olsa, onun bərabər vətəndaş haqqını sahib olmaq lazımdır. Ona görə biz Azərbaycanda bir demokratik devlət qurmaq çabasındayıq. Federalizmlə istəyirik, demokratik federalizm, milli federalizmlə deyil. Əsasən biz İranda milli zudayını eləməliyik. Çünki milli zudaydan biz hamımız sədmə görən bizlər, yəni xalqlar o milli icraydan sədmə görüblər İranda. Məsələn, milli icrayı ki, mərkəzdə olur. Buna görə bizim keçən dəvə danışıqlarımızda bir söz dedim. Dedim ki, bizim ideolojimiz daha çox yəni İranda bu milliyyətçılığa bir demokratik dil, padizəhri onun müxalifi demokratik dil olmalıdır xalqı cəlb eləməkdə. Milli icrayı olduğunda daha bir dəf elərlər. Yəni bizə imkanı cəzbə azaldar, onlar imkanı cəzbə onlara çoxallar. Çünki orada kök var, 100 ildir təbliğ edirlər. Bizdə kök yoxdur. Bizdə üçün bu yəni milliyyətçılıq kökü yoxdur. Demokratik dillə biz xalqımızı daha çox cəzb edə bilər tam milliyyətçi dillə. Amma faslar çünki kökü vardı orada milliyyətçilik. 100 ildir İranın radyo televizyonundan filanla paylaş olur, mədrəsələrdə, kitabda, danışıqda tədris olur. Onlar milliyyətçi kəsimə daha çox cəzb edərlər. Ona görə biz bu ikisinin qarşısına qoymaq, onu dayandırmaqdan ötürü. Amma əsas məsələ ki, federalizm nə istiyor? Demokratik federalizm istiyor. Bölümlər nədirlər? Bax, bölümlər nədirlər? Bölümlər tarixi bölgələrdirlər. Tarixi bölgələr. Tarixi vətəndir. Bir də bizə bir anayasa var. Bir hukuki cəhətdən də İranda bir dənə bir şey yazılıbdır. Yəni Məşrutiyyət inqilabında bir yazılıb, anayasa yazılıb. Orada o da mühümdür. Çünki hukuki cəhətdən birinci dəfə anayasa yazılıb İranda. Bir tarix var ki, oradan da müstəncət var. Amma bütün dadığanlarda daha çox sənə yəni məhkəmə pəsənd bir şey o ki, hüquqda yazılıbdır. Azərbaycan yəni ən böyük iyalətlərdən biridir orada, o anayasada. Ona görə o bir şeyler de var. Mesela indi o zaman Kürdistan vilayet sayılırdı. Balaca bir bölgeydi. Mesela indi eləyərlər adı iyalet olsun. Fərq eləməz balaca bölge böyüklüğünə məsələ deyil. Yəni bərabər eşit haqq olsun diye mesela Bəluçlar
ya mesela Türkmenler veya filanlar eyalət adı ilə hər kəs getməli, bərabər hüquq sahibi olmalıdır bu milliyyətlər fərqli bölgələrdə. O daha çox, yəni biraz ədalət bu günə aid bir şeydir. Ona görə biz demokratik federalizm istəyirik tarixi bölgələrdə qurulmaq üçün. Mən özüm də Azərbaycanın öz içindəki bu günə ustanlar var. Ərdəbil, Şərqi, Qərbi, Zəncan filan, ya məsələn Qəzvin filan. Bunlar da elə bu sistem idarə qalmalıdır. Yəni Azərbaycan öz içi də federal sistemində qalmalıdır. Yəni mərkəzçi bir sistem ki, Təbrizdən hər yer kontrol olsun, idarə olsun. Azərbaycan öz içində də çəlişki yaradır. Çünki yəni o yerlik var, bir söz dediniz o gün yerlik. O hər yerdə var. Dünyanın hər yerdə var, Azərbaycanda var. Ona saygı göstərməkdən ötürü, hər kəs də öz bölgəsinin yaxşılığına çalışmaqdan ötürü, ona saygı göstərməkdən ötürü, elə bugünkü mövcud bölümlər, idari bölümlər elə Azərbaycan federal dövləti içində qalmalıdırlar, deyə düşünürəm. Fikrimiz odur bizim. Təşəkkür edirəm. İndi sizin istədiyiniz federalizmi, sizin parti müşəxxəsələri nədir? Federalizmin müşəxxəsələri, yəni baxın, biz burada çox genel yəni federalizm haqqında danışırıq da, yəni onlar ki, yəni əsasi xəttlər ki lazımdır. Onun adını dedik ki, demokratik federalizm istəyirik. Yəni demokratizmi, nasyonalizmi, mərkəz nasyonalizm qarşısında bir padizər kimi görürük ideoloji cəhətdən. O, yəni təbliğatı cəhətimizi daha çox demokratik dil, bir nasyonalisti, mərkəzçi dilin qarşısında ona çox böyük bir padizərdir. Amma federalizm necə, yəni qəşəng sualınızı başa düşmədim ki, nə olsa federalizmi. Adı demokratik federalizmdir. Bir daha da şey var, bir daha da bunu açıqlayayım. Bakın bizim, yani bir siyasi cəreyanın dilində hani cəzzabiyyətin olması çox mühüm məsələdir. Yəni modernizm, cəzzabiyyət və müasirlik. Modernizm, demokratizm və müasirlik. Bu üç faktor sənin dilində olmasa, bu gün cavan ki sənin sözlərə qulaq asacaq və isticəlli olsun, bunların içindən dil materialında, dilində, ədəbiyyatında bu materiallar olmasa cəzzabiyyət yoxdur. Cəzzabiyyət olmasa sənin tərəfdarın da olmaz. Məcbursan sən ən müasir, modern və demokratik dildən istifadə edəsən. Bu ittifaqən həm bizim özümüzün, xalqımızın bizə cəzb etməyə böyük köməklik elər. Yəni hər kim baxanda, yəni bir türk insanı baxanda sənin təşkilat var, sənin modern, müasir və demokratik görəcək təbiətən cəzb olar. Eyni halda düşmənin cibhəsindən, düşmənin cibhəsində o düşmən cibhəsini zəiflətmədə də, düşmən də faşistlərin danışır da, onları zəiflətmədə də böyük rol var. Niyə? Çünki o cibhə, o siyasi cibhədir, düşmən cibhəsi. O siyasi cibhəyə yaxın olan insanlar, insandırlar da, sənin demokratik, müasir və modern dili, eşidili, dili və siyasətini gördüyündə, hər halda sənin tərəfdarında olmasa, sən onu bir tərəf elemana çalışa bilərsən və bu çox böyük bir siyasətdir. Yəni, bir kəsim ki, sənə ziddirlər olaraq bir tərəf eləyəsən və sən bir tərəfdirlər sənə tərəfdar eləyəsən onları və ya tərəfdardırlar özü eləyəsən. Yəni, fərqin kəsimdə bu bir siyasətdir ki, tamam tarixdə siyasi fəaliyyət hizblər işlədib, biz də onu işlətməyimiz lazımdır, yəni olduqca. Onda bunlar danışır, bunlar teoridirlər. Bunlar teoridirlər, amma bunların əbzarı əməlisi bir partiyanın güclənməsindən sonra, yəni gücləndikcə bu siyasəti əmələ keçirə bilər deyə düşünmək lazımdır. Mən bu sual ki soruşdum, sizin federalizmin müşəxxəsələri nədir? Yəni, məsələn, birinci saydınız demokratik olmasıdır. Daha nə mənəsi var bunun? Məsələn, vətənçi deyil, millətçi deyil, ondan sonra, nə bilim, yəni, müşəxxəsələri nədir? Yəni, bu federalizmi istəyəsiniz, məsələn, üzrəm da, içədə bir sualı mətrəh edeyim. Məsələn, istəyəsiniz, deyəsiniz ki, dərs verəsiniz bunu. Yəni, dərs verəsiniz ki, federalizm nədir? Bizim federalizm. Bu federalizmin müşəxxəsələri olmalıdır. Yəni, deyirəm sizə, məsələn, müşəxxəsə deyəndə ki, yəni, bu sözlər ki, dediniz, yəni, ideolojik cəmmi ideolojik, bu, yəni, dövlətə dəxil olan bir şey deyil. Dövlət ideolojik olmamalıdır, ideolojiden boş olmalıdır. Dövlət
qanun əsasında çalışmalıdır, hüquq əsasında çalışmalıdır. Ona görə ideoloji, insanlar və hizblər ideolojik düşünməli lazımdır. Dövlət orqanlarının hamısı ideolojiden xaric, yəni hər fərqli necə Tamam, olursunlar, amma onlar siz də bir partisiniz da. Bəli, amma siz federalizmin özəlliyindən soruşsunuz. Yəni dövlət yaptı. Sizin sualım budur da, sizin federalizmin. Da bizim federalizmin mahiyyət baxımından demokratik və hüquqi bir yapısı olmaq lazımdır. Çünki yəni biz federalizmdən danışanda federalizm həm beynində deyək ki, gərsək, yəni filan idarədir da. Yəni dövlət aparatıdır. Dövlət aparatı ideolojiden uzaq da durmaq. İki müşəxxəsəsi var. İki dana müşəxxəsəsi var. Mən çıxartdığım burada. Bir hüquqi, ikinci demokratik. Elə hüquqi olmaq, dəqiq hüquqi olmaq demokratik mənasında bir türlü gəlir. Yəni hüquqa əməl edən, əvvəla demokratik, əvvəldən ona biraz danışmamız lazımdır. Biz ora girməmişik. Bilməm indi harda girəcəyik o mövzuya, haqq məsələsində girəcəyik. Gedəcəyik. Bir demokratik dövlət nə cür, yəni necə mahiyyətən bir dövlət demokratik ola bilər? Bunlar bəlkə gələcəkdə danışacağıq, amma hər halda bir dəfə də soruşum. İranda federalizm bugünkü şəraitdə əlverişlimi? Onu mən dedim sizə, yəni bugünkü indi danışırıq bir-birimizlə. Əgər bu gecə bir ittifaq edirsə İran rejimi yıxılsın, mən yəni federalizmin çox böyük çətinliklə qarşı-qarşı görən şey eləyə bilər olsun. Amma yəni çünki biz hazırlığımız çox zəifdir Türklərin. Tamam. İranda özlərin üstün görən və qüdrəti əldə tutan farslar və farsçılıq federalizmə necə yanaşır? Qoyun bu sualı vermədən mən bir söz deyim bir şeylə. İranda bugün 3 dənə siyasi alternativ mətrəhdir. İranın əfkarı mövzusunda. O şahçılar öz alternativlərini mətrəh edirlər ki, səltənət filan qeytərsinlər ki, onun İrana qeytməsinin ehtimali təqribən Ben burada sual soruşum. Şahçılar mı, pəhləviçilər mi? Şahçılar, pəhləviçilər. Yəni başqa şey yox. Şahçılıq ideolojik olaraq, şahçılıq bir İranda pəhləviçilikdən sonra başqa bir şahçılıq yoxdur. Niyə? Qacarçılıq da var. Yəni o səviyyədə cərəyanı siyasi adım çəkmək düz deyil. Yəni 5 nəfər, 3 nəfər fikirləmanın bir toplumda bir kirayı siyasi ayrı şey. Yəni hər düşüncə olaraq danışırıq. Düşüncəyə danışmıram. Mən düşüncəyə danışmıram. Mövcud kirayı siyasılar danışıram. Düşüncənin adını çəksə çox şeylər vardır. Ona görə fərqli alanlar var. Yox, düşüncə sahəsini çəksək komünistlərlə düşüncədə orada komünist hökumət istəyir İrana. Amma çünki ciddi bir cərəyan dəyərləri o sistem keçənməzdə. İranda 3 ehtimal bugün danışılır. Birisi yəni pəhləviləri ya səltənət qeytməkdir ki, mənim nəzərimdən onun qeytməsi, hakimiyyət qurmasının yəni 0 dərəcə imkanı var. Yəni alternativ saqitdir. İndən sonra 2 dənə alternativ var, ciddi alternativ var. Cumhuriyyət və federal cumhuriyyət. Bu iki cərəyanında bugün əfkarımda cumhuriyyətçilik çox güclüdür federal cumhuriyyət istəyənlərdən. Yəni buna biraz da balaca araşdırmalar oyandı, bir yanda araşdırmalar var. Amma siz elə bunu baxıntı ilə də biraz, yəni eşikdən də biraz müşahidatla da bəzi şeylər başa düşə bilərsiniz. Məsələn, indi federal cumhuriyyətinin yəni bir siyasi alternativ vardır. Amma zəif bir alternativdir. Yəni kamuoyundakı əfkar umumda onu gücləndirmək lazımdır. İndi mən qabaqçı sualımı təkrar eləyəcəm, amma əlavə edeyim. Qabaqçı sualım buyurdu. Yəni İranda özlərinin üstün görən və qüdrəti əldə tutan farslar və farsçılar, yəni o cənabınız deyirsə, türklər də vardılar falan. Onlar mərkəzçilər desən onu təbanilər. Yəni yox, yox, mərkəzçi deməyim, indi dəyişdirirəm. Federalizmə necə yanaşırlar? İndi Kürtlər, Ərəblər, Bəluçlar falan, bunlar federalizmə necə yanaşırlar? Tamam. Orada federalizm elə xalqların, qeyri-farslar xalqların içində lorların içində güclü deyil, hiss olunmur. Amma başqa xalqların içində federalizm birinci alternativdir. Tamam. Cumhuriyyətlə müqayisə eləyəndə qeyri-fars xalqların bölgəsində federal cumhuriyyət birinci söz deyil, biridir.
Amma mərkəz bölgələrində, Fars bölgələrində və ya daha asimilə, məsələn, Lor filan, bu bölgələrdə cumhuriyyətçilik daha çox birinci söz deyir. Amma Yəni üst-üstə qoyanda federal cumhuriyyət bugün yəni ikinci dərəcədə durur. Birinci Farslar alternativ deyil. nədir baxır? Yəni Farslar ki, güc əllərindədir, qudrət əllərindədir. Farslar ki, qudrət əllərindədir. Farslar bu rejimlə savaşmadı. Amma əfkar umumunda Fars toplumunda bir balaca kəsim səltənətçi filandılar, Pəhləviçi filan, amma çox balaca bir kəsimdir. Genəldə cumhuriyyətçilik orada. Yəni əsasən elə cumhuriyyətçilər olardılar. Onlar cumhuriyyətçilər, bizim yəni qeyri-fars xalqlar üst-üstə yəni federal cumhuriyyətçidirlər. Amma bu məsələn niyə əgər bu varsa, indi bir sual qabağa gəlir. Deyək farslar 40% təşkil edirlər cəmiyyətin. Ne üçün cumhuriyyət bu qədər geniş vasitədə federal cumhuriyyətə daha çox üstün görsənir? Cavabı budur ki, bizim xalqlar, qeyri-fars xalqlardan Fars toplumunda cumhuriyyətçi olanların sayı çoxdur. Bizim indi görəvimiz budur ki, o zehniyyət, yəni bizimkilərdən gedi Fars cibhəsi, yəni mərkəz cibhəsini, cumhuriyyətçi cibhəsini təqviyyət edir, onları oradan alıb və bu cibhəyə qovuşdurandan sonra o dəngə, siyasi dəngə, federalizm və cumhuri federalist arasında dəngəni dəyişə bilər. Bu imkan vardır. O İrani federalda o cəmiyyət ki vardı. O cəmiyyətdə Fars bir cəmiyyət vardı ki, Fars təşkilatlarından biri vardı ki, federalçı ola. Var, bəli. Dedim sizə o gün, yəni biraz da çox vardı. İndi bir dənə təşkilat var. Farsa adı Həmbəstəgi, Fəragir, Bərabəri və Azadi der İran adı. Orada 3-4 tane Fars təşkilatı vardır. Balaca da fədailərdən ayrılmış. Federalçıdırlar, yəni federalçıdırlar. Oranın o Həmbəstəginin yəni platformu federal platformudur. Yəni biz oradayıq, biz düzdür orada. Tamam. Orada var və bir də məsələn bir daha da partiya var ki, orada yoxdur. Məsələn İranın Sol partiyası da Farsca Hizb-i Çap İran da federalistdir və son konqresində federalizmi təkcə İranın demokrasisinə bir yol kimi seçdilər. O yəni Hizb-i Çap İran, o da federalistdir və yəni vardılar. Çox güclü o Hizb-i Çap güclü bir cərəyandır məncə. Yəni istedad var, gələcəkdə çox böyük rəy, səslər filan toplasın özünə. Yəni solları toplasın da özünə. Mərkəz sollarını toplasın. Hətta bizim sollardan da eləyə bilər. Amma hər halda bugün ümumi əfkarda keçən 100 il Bordizerlə və nasyonalizmi sürmək üçün bugün cumhuriyyət alternativi, federal cumhuriyyətin alternativi çox-çox yüksəkdə durur. Təəssüflə. Məşrutə islahatından və reformundan bu günədək Farslar tüm yazılı və sözlü müqavilələri, qərardatları ayaqları altına alıblar. Sözlü olsun, şəfahi ya kərpini hamısının ayaqları altına. Əcəba Farslara güvənmək ola bilərmi? Gələcəkdə ki, bunlar məsələn indi gələlər. Sualımı qoyun təkmil edeyim. Gələlər deyərlər ki, biz federalizm, indi deyərlər federalizmi qəbul edirik, ya səltənət tərəflər, məsələn indi qanun yazmırlar falan. Bunların əcəba sözlərinə, ya yazılarına, o tarixi təcrübəyə dayanaraq güvənmək olarmı? Biraz cümlələrinizi islah eləmək lazımdır. Farsların ən böyük kəsimi uşaqlardılar. Onlar qanunzat yazıblar. Bizdən məsələn indiyəcən qanunla ayaq altına qoyublar uşaqlar filan, ya yaşlılar filanlar. Məncə bizcə deməli Fars siyasi gücü deyə bilərik. Farslar sözü yanlışdır. Yəni Farslar bugün bu rejimlə də savaşmadadılar. Farslar qərar verməyiblər, qərardat həzf eləmirlər. Normal insanlar dövlət adamı qərardat ləğv edər. Dövlət heç əsən xalqla heç əlaqəsi yoxdur. İran dövləti istibdadi dövləti keçən 100 ildə. Fars xalqı ondan mücadilə olub hər zaman. Necə yəni bizə Farslar hesablayaq onu? Ona görə cümləyi islah eləmək lazımdır. Fars dövləti ya Fars siyasətçiləri ən azından demək lazımdır. Farslar cümləsi yəni düz deyil. Yaxşı, ondan sonra əcəba onlar yəni onlara inanmaq olar dediniz. Əhsən gəlib məsələ güvənmək, etimad eləmək ola bilərmi? Siyasətdə güvənmək söz konusu deyildir. Kimsə kimsəyə güvənməyəcək. Siyasətdə hətta yəni Azərbaycan siyasi gücləri arasında da güvənlik söz konusu deyilir. Yəni anlaşmalar və siyasi güc balansı. Baxın, mənim soruma diqqət vurursanız dedim ki, anlaşmaların tamamən hamısını ayaq altına qoyublar. O zaman ki, zəifdirlər, qəbul ediblər.
O zaman ki gücə gəliblər, anlaşmaların hamısı tarixdə ayaq altına qoyublar. Yaxşı da siz orada burada biraz daha çok siyasetten daha çok ahlakiyete yani rücu edirsiniz. Ama siyasetin Əxlaqla işim yoxdur. ya da Əslən əxlaqa keçmir. ayaklayıp yani hemen anlaşmana ayaklamak yani hemen Yəni ki, ahlakı da ayaklayıp. siyasi olaraq, xeyr. Siyasi olaraq, nizami olaraq güc əldə edibdir, gəlib deyib ki, tamam, mən sizi aradan aparıram. Bilirəm, zehnide, ruhda bir ahlaksızlık da olup da orada. Mən əxlaqa Sen her etiqadım olmadığı üçün, mən şəxsi olaraq, İnsafəli Hidayət olaraq əxlaqa inanmadığım üçün Ay dedesinin çok özellikler var daha da. İndi Hidayət ben özünce biraz faaliyeti yap tanıyam. Yaxşı, her halde bugünkü normlarda bir ahlak mevzusu vardır. Orada bir daha bir felsefe bir şey, yani kanıdır, merkezidir, orada danışmak da olar. Ama her halde yani buna inanmak söz konusu değildir. Yani birine yani inan bak mesela güven. Siyasette güven mevzusu yoktur. Gücün olsa o gücünden özünü koruyacaksan. Güc balansı söz konusudur siyasette. Tamam, Biz ben yani sorunu dəyişim. Buna görə ki, sizin istədiyiniz federalizm, sizin istədiyiniz İranda qalıcı olsun, məsələn 100 il, hangi zəmanəti icraisin güzel sualdır. Güzel sualdır. Zəmanət icrai siyasette güc balansıdır. Yani güc balansı dediğimizde eğerse siz merkez ve çevre, ya adım olarak merkez ve çevre, yani merkez toplum ki təmərküzcülər ve o ideolojiyle geçen yüzyılda falan yaptılar ve çevre gücü, yani xalqların ve merkez demokratlarının bir arada gücü. Ki indi çalışılır onların bir etilafı düzelsin. Elə bir çaba var indi. Yani bu balans eğer kurulursa, yani indi sade dilde desək, federalçılarla merkezçilerin siyasi gücü balans kurulursa onda yani siz orada bir iş görebilmezler. Ama balans olmasa onlar sorunu başqa cür soruşum. Səttarxanı çağırdılar Tehrana, bir dana medal verdiler, bir dana ad verdiler, Sərdar Milli, sonra da bağladılar silah ve öldürdüler. Tamam. Yaxşı. İndi icazə versin cevap vereyim. İcazə verin. Pişkəbərini Qərarda çağırdılar Tehrana, yazdılar, xəl-i silah və öldürdülər. Yani icazə versin cevap vereyim. Sualımı deyim, nəyə cavab verir? Sual bellidir da. Yani tamam. Niye Səttarxan getdi Tehrana? Ben onu soruşmuram. Əslən, mən Səttarxanı öldürdülər. Siz soruşmuşsunuz. Mənim cevabımın içindədir o. O mənim sualım deyil ki. Mən onu axtarmıram. Səttarxanı öldürdülər, geçdi. Mənim sorum budur. Buna görə ki, yenə də gəlib nizami olaraq sabahları sərkub elənənlər güc dəngəsi də var. Güc dəngəsi o zaman da var idi. Amma sonra biz silahımızı qoyduq, gəldilər, öldürdülər. Siz bunu nədir saxlayacaqsınız? Əcəba Azərbaycan və türklər İranda buna görə ki, o federalizmi qoruyələr müsəlləh olmalıdırlar, müsəlləh qalmalıdırlar ya yox. Soru budur. Kulak asın dikkatle sözümüze. Siz biraz mevzunu ki orada yani gerçeklerden uzaklaştınız. Bakın Səttarxanın Tehrana gitmesi kökünden bir yanlış siyasettir. Səttarxanın ölümcül yanlış bir siyasetidir. Onun merkezliğe dəxli yoktur. Vaxtı sen orduya qələbə çalmışsın Təbrizdə. Orduya qələbə, ordudan sonra başka bir gücü yok da İranda. İndi sen bir orduya qələbə çalırsan, deyirsən gələm Tehrana sizə bir iş görüm. Bu yanlışdır. Duracaksan orada, diyorsan bura benim merkez gücümdür, senden anlaşmaya varmam lazımdır. Sen nümayəndə gönder, ben de nümayəndə göndərim. Səttarxanın ölümcül ve çok yanlış ve hatta bir bilmez siyasetidir. Ki bu bizim, hatta orada bizim azadlıq imkanımız Səttarxanın ordunun yenilməsində varımızdır. Eğer Səttarxan getməyəydi, Səttarxanda siyasi fikri yoktur, bilirsiniz. Yani o kadar yani siyasi teori, fikir, dünya siyaseti, bölge siyaseti bunlardan bilmirdi. Hatta Səttarxanın çok yerde sözü var ki ağalarımız ne deydi? Yani ayetullahlar, üzmalar ne deydiler? Ben olağan sözüyle hareket ettirəm filan benim. Məşrutiyəti şey yani ayetullahların filan. Səttarxanı əllərində oynadırdılar. Beləsi desə bakın burada dikkat edin. Burada bir ders var tarihi bize. Onlar değildiler. Evvela biz orada Qacar dövründen danışırıq.
Orada Qacar dövründən danışırıq. Orada onlar deyil ki, bizə qələbə çalıblar. Bu bizim yanlışlıq, yanlış bilməməzliyimizdir, bizə qələbə çaldırdı. Səttarxanla rəhbər o zaman üçün əgər Səttarxanın təşkilat olsaydı, siyasi təşkilat, Səttarxanı öldürsəydilər heç də olmazdı. Taza bir rəhbər seçərdilər, yəni təşkilatı Təbrizdə saxlayardılar, biz devam etməliyik. Bura bizə qələbə çalmışıq. Ordudan da başqa bir ordu, yəni güc yoxdur. Sən orduna qələbə çalmışıq, bura bizə aiddir. Bundan sonra yalnız anlaşmalıyıq. Çün yox idi, getdi, yenildi. İndi gələk pişəvəriyə. O yanlış siyasət. Gələk pişəvərinin mövzusunda. Pişəvərinin mövzusunda, yəni, baxın, pişəvərin əsli, yəni pişəvəri də milli hökumətin, ya firqənin, mənim nəzərimdən böyük, çox böyük, ölümcül siyasəti geri oturma siyasətidir. Geri oturma. Yəni, ələ aldığı gücü saxlamaq üçün savaşma. Bir gündə savaşmır. Hətta ordu Təbrizə gəlmədən 3 gün qabaq liderlər boş verdi. Mən onu düzgün bir şey bilmirəm. Çox yanlış. Hətta xiyanətkarana bir siyasət bilirəm bunu mən. Ki, sən bax, əgər hizbisən, seçilmiş dəyilsən, sən hizbinin tərəfindən gəlir, ordu mərkəzdən gəlirsən, təsmin tutsan, görürsən, ya burada müqavimət eləyənmədin, savaşını gedirsən, əqəbmişdən etsən, gelirsən, o bir dağın dalısına. Ora gedirsən, bura gedirsən, hətta ölkədən çıxırsan. Amma bir devlət kimin, devlət başçısının haqqı yoxdur ölkəni tərk etsin. Dövlət seçilmişdir, iktidardır, egemenliği təmsil edən ünsürdür. Məncə, milli hökumətin İrandan çıxıb geriyə oturması 3 gün ordudan yetirmək bir xiyanətdir. Mənim nəzərimdə. Ona görə onlar lazımi görevlərini hər nədənsə yerinə gətirməyiblər. Və də problemi indi tanıyırıq, bilirik nədir problem. Hizbin, firqənin bütöv bir partiya olmamaq üçün, tarixi olmamaq üçün, ideolojik cəhətdən anlayışı düzgün, bir anlayış olmamaq üçün, cibhənin qurulduğu üçün, məsələn, ağır anıda firqənin rəhbərləri 3 yerə bölünüblər. İstalinçilər olublar, birya, yəni firqənin əqəbmişinlik geri oturma fərmanını birya verib, pişəvəri yox. Pişəvərini ləğv ediblər rəhbərlikdən, birya qoyublar ki, fərman əqəbmişini veribdir. Sonra da biryanı gördük, nə hala düşmüşdü, gəlmişdi, qeydmişdi Təbrizə. Orada, yəni Cavid şahla barışaq, problem olmasın, gəlsin filan və pişəvəri ilə müqavimət tərəfdarı edilər. Yəni, firqənin rəhbərliyində əksəriyyət xiyanət cibhəsində idilər və ona görə pişəsiyiblər. Yəni, bu bunu göstərir bizə dərsi budur ki, yenə də bunu başqalarına deyirlər. Bizim problemimizdir. Nəinki bizim düşməndən intizamımız olsun ki, sən bunu bizə niyə gəldin, həmd etdin? İndi mənim soruma cavab verin də, baxın. İndi soruma cavab verin. O tarixi təhlillərdən biraz azalsaq, suallarımıza gəlsək. Tarixi təhlil olmasa sən nəticə alınmasan. Cənab Şamili, başarmırsınız qısa danışmağı. Mən yavaş-yavaş öyrənməliyəm. Yox, ciddi deyirəm. Bu şeydir. Yəni, məsələn, bir dənə ciddi mediada müsahibəyə girsəz, məsələn, biz ciddi mediadayıq da, biz şey yox, yəni düşüncəsəl bir şey yox. Media da deyil. Mən burada media deyiləm. Mən burada düşüncəsəl bir sistemin üstündə danışırıq. Ona görə geniş danışırıq. Bəli, vaqiqiyyətdir ki, nə qədər qısa danışdılar sözlərinizi, bir tikrar çoxdur. Bir də bu qısa danışmaq məsələsi. Amma indi sualım mənim sizdən ki, Cənab Şamili buna görə ki, Səttarxanın təcrübəsi və şəriətmədarinin və milli hökumətin təcrübəsi təkrar olmasın, əcəba millət Azərbaycan ya türklər müsəlləh qalmalıdırlarmı? Baxın, mənim sözlərim o qədər aydınlı ki, bir siyasi bilənə ki, nə demək və nə işlək lazımdır. Bu gün hakimiyyət dedir ki, İran rejimi qutulur. Milli hərəkətin görəvi Azərbaycanı siyasi və əskəri kontrol altında tutmaq lazımdır. Bu işi görməsə, yanılmaq və... Axı, yox ki, yox, sorun oranı bildim, oranı dərk elədim. Sizin boşluğunuz buradır. İndi Məclis-i Müəssisən dedi ki, silahları təhvil verin. Məclis-i Müəssisən deyəməz silahları təhvil verin. Dövlət, yəni bir dövlət deyə bilər silahları təhvil verin. Məclis qanunu təsbih edir.
Məclisi müəssisəsində dövlət qurdu, biləxərə getdi dövlətə. Dövlət dedi ki, silahları təhvil verin. Neyniyəcəksiniz? Əgərsə bizim haqqımız əldə olmayıb federalizm savaşacağıq. Əsən federalizmi veribdi. Mən istəyirəm bunu deyəm ki, federalizmi də deyib, okey. Amma sabahları dedi silahları da verin. Silahları verdi, gəldi bastı nə federalizm. Orada bir daha yanlışlıq var sizdə. O da budur ki, federalizmin devlətini mərkəzçilər qurmazlar. Ora yığışan qüvvələr təşkil edər. Sən nə bilirsən ki, məsələn, əgər sən silahlı olmasa gələr ağdar da, təcrübəsi də budur. 100 ildə bu üstündə aparıb fikir. Baxın, çətinlik var. Amma baxın, siz indi getmişsiniz, yəni sizin təsəvvür üçün İran'dan deyəcəm bu devlətlər var. Federal sistemində də elə başçılar elə bunlar olacaqdır. Olay olmayacaq. Əgərsə balansı güc vardır və biz 51% rəy gətirmişik, Noxus vəzir bizimki olmalı lazımdır. Yəni Noxus vəzir bizim adamımız olmalı lazımdır. Onun vəzirlərinin ən azı yarısı bizim adamımız olmalı lazımdır. Onlar nə tür fərmanı əmr verəcəklər? Yəni mən özümüzə deyəcəm, gedin orada Azərbaycan şey deyim. Məsələn deyə, bir Azərbaycanlı, bir Türk, bir filan, ələlxüsus bir Türk olacaq, yəni istər-istəməz. Noxus vəzir. Yəni, o nə tür deyəcək, özünün əleyhinə fəaliyyət edəcək. Əgər biz 51% məclisdə rəyimiz var, seçilən Noxus vəzir bizdən olmalı lazımdır. Başa düşdünüz? Baxın, yəni o deyək ki, sizin zehniyyətiniz var. Sabahları sizin zehniyyətiniz var keçmişdə. Sabahları mərkəzi sistem gücləndi. 1 il sonra, 5 il sonra mərkəzi sistem nə düzgünə bilər vaxtı bu şərait keçid siyasi qüvvələrin balansı vardır. Yəni mərkəzçilik gücləndi deyəndə necə gücləndi? Necə yəni siz baxın, siz deyirsiniz mərkəzçilik bir dənə qanun yazılır. Rejim dağılır, qoy mən açım da pəs. Bu cür olar güclənər. Rejim dağılar, Cumhur İslami, Farslar zəiflikdə olanlar, yəni Fars sistemli düşünən, mərkəzçilər zəifdə olanlar, gələrlər geçici bir teori, plan, strateji. Qutaq müddətliklər də qısa zaman içində gələr deyək ki, biz gələk bunları yığaq, hələ bir federalizm qəbul eləyək. Elə ki, bunları yığdıq, bunları yavaş-yavaş öz nürularımız qorxublar, qaçıblar, bunları toplarıq, orduda, Sipahda, orada, burada təşkilatlandırırıq. Elə ki, hər şey gəldi, bizim təcrübəmiz var, onların təcrübələri yoxdur. Biz siyasi yox, Türklər siyasi, cənabızda bunu işarət etsin, təcrübəsiz bir siyasi gücükdə. Onların amma təcrübələri var, 100 il təcrübələri var və 100 ildə də çox terroristi təcrübələri var. Çox əcib. Gəldilər, sabahları dedilər ki, gücləri yavaş-yavaş Azərbaycanda da mərkəzçiləri yığdılar, Kürdistanda da, Ərəbistanda da, Bəluçistanda da, hər yerdə yığdılar. Dedilər, tamam, bir dənə koditə eləyək. Neyini bilərsiniz? Silahı da yoxdur. Siz yəni çalışırsınız deyəcək həman şey tikrar olar. Baxın, federalizmdə məntəqələr siyasi güc var. Orada polis var, orada silah da var hətta. Baxın, məntəqə. Polis iyaləti sistemin ixtiyarındadır. Silah da onun əlində vardır. Və bölgələr bölünür. Yəni, polis bilər, məsələn, təyyara ki, bomba gətirir, onun qabağında polis təyyara hardan gələcək? Hardan gələcək təyyara? Göydən gələcək təyyara. Göydən gələn təyyarə bir yer almaz. Yəni, zəmini necə olur, yəni, qaradan, topraqdan bizə gəlməsə heç bir şey gəlib bir yer patlar gedər. Yox da, axı 4 dona polis tancın qabağında neyinər? Bir də qulaq asın, o orduda danışırıq. Orduda olanların hamısı onu tarifçi eləmirlər ki. Orduda ki, onu tarifçi eləmirlər. Orduda fikir eləmək yox. Ordunun fərmandehi imzalayanda deyir ki, o qanun əsasiyə bağlılığı var, anayasaya bağlılığı var. Bir də orada deyir ki... Xeyr, dövlətin fərmanında olacaq daha, dövlətin fərmanı, amma anayasaya harkırı bir işlə bir fərmandeyi görə bilməz bir işi, yəni. Gözə aşqara... Görür da, geçən yüzündə görür. Ordunun içində, baxın, hər zat möhtəməldir, bu söz ki, siz deyirsiniz, bu böyük bir komplo teoridir. Bax, federalizmin qəbulu İranda bir yəni mənə, yəni bölgələr özləri idarə edəcəklər. Başqa yerdən ora adam götürüb gəlməyəcək. Baxın, onları bildim. Ordu nə cür idarə olacaq? Yəni siz ordunun fərmandehliyi mən sizdən bunu soruşuram bax. Sistemi ki eləyə bilər sizin federalizmi qoruya, orduz gərək olsun. Əcəba ordunu alırsınız, məsələn, hər iyalətin özünün ordusu olurmu ki, lazım yox, hər iyalətin ordusu olmaz. Tamam, qutardı. Federalizmdə hər iyalətin ordusu olmaz. Amma bu söhbət ki,
əlbəttə ki, bunlar danışıb ideal vəziyyətdir da. Yəni hər bir hadisə hər yerə düşə bilər. Yəni qoyacaqdı Sovyetdə kodeta oldu və vurdular bir-birinə. Məqsud amma budur ki, federal sistem qəbul olursa anayasada o böyük bir hadisə, çox böyük bir hadisədir. Yəni o işə çox böyük işlər lazımdır. Olandan sonra yəni ki, sən Azərbaycana, Azərbaycan qüvvəsindən sonra başqası girə bilməz. Orduya da dünyada federal dövlətlərin ordusuna necə qanun yazıb? Onu qanunu orada yazmalı lazımdır. Bir də indi orada bir dəqiqə. Məşrutənin anayasasında əyalət, vilayət deyə maddə var idi. Amma gəldilər aradan apardılar. Milli hökumətlə qərardat yazdılar, Tehranda imzalandı. Milli hökumət silahlarını təhvil verdi. Qaçdı bir yanda çünki silahlarını təhvil verdi. Qoy orasını bəs deyim sizə, orada nə olubdu biraz. Baxın, şey gəlir, Müzəffərəddin Şah ki ölür, Məhəmməd Əli Şah gəlir. O qanunu yazıb, məclis seçilmişdi filan da o müxalif idi, yəni diktatorluq tərəfdarı idi, da məclisin müxalif idi. O cür bir şey yoxdur ha tarixdə, bunu farslar deyirlər. Məhəmməd Əli Şah təhcə adamdır ki, deyib ki, məclisi məşrutə, yəni konstitusyon deyibdir. Müzəffərəddin Şah konstitusyon deyib ha, bunu deyib. Məclisi bağlatdırıb bə. Məclisi bağlatdırmayıb ki, məclis kodita eləyibdir, bağlayıblar. Məclis kodita eləyib? Bəli, 50 dana təşkilat-ı müsəlləh var idi məclisdə. 50 dana. Yəni Məhəmməd Əli Şah nə oldu Məhəmməd Əli Şah? Terör eləyiblər. 3 dəfə Məhəmməd Əli Şahı terör eləyiblər. Məclis, nümayəndələr. Nümayəndələrin siyasi... Əhməd Şah gələndən sonra nə olub İranda? Əhməd Şah gələndən sonra? Əhməd Şah gələndən sonra... Qanuni dövlət qurulmuşdu. Əhməd Şah gələndən sonra farslar, yəni o şey sistem, bunlara geçmiyor. Fars tarixi ona görə deyirəm geçmiyor. Çünki indi burada Fransızlar gəlir, siz deyərsiniz ki, yəni baxın bu indi ki bu səvayət edirsiniz, bu Məhəmməd Əli Şahın, yəni Məhəmməd Şah müxalif məşrutiyyət, bu Azərbaycandan və Loristandan da lorlardır daha çox. Əslən bizim, baxın, siz Təbrizlisiniz ya yox? Təbrizlisiniz. Mən Təbrizdə doğulub böyümüşəm. Tamam, Təbrizdə sən eşitmişsiniz, Məhəmməd Əli Şah bir diktator diye bir xatirə eşitmişsiniz. O qədər pulsuz idi ki, Tehrana gedənmədi. Tehrandan pul borc aldı getdi. Bu adam diktator, nəsil bir diktator idi. Xamneyi Bu qədər yox idi Tehrana getsin. Yəni o diktatorluğa nə dəxli var? Diktator olsaydı pul olardı, şeyləri bazardan pul olardı, oradan burada kəsərdi falan pul olardı. Biz Məhəmməd Əli Şahın tarixini bilmirsiniz məncə. Məncə oradan gücək. Bəhs eləməyəm, ona görə deyirəm. Çünki bu tarix ki biz bilirik. Əgərsə onlar o cür bir sistemizdə Əhməd Şah gəldi. Əhməd Şahda bir demokratik bir dövlət quruldu. Bir dəqiqə, cavab Şamili. Bu tarix ki cənabız və mən bilirik, bu tarixi keçən 100 ildə yazıblar bizə deyiblər. Yəni bu hadisə keçən 100 ildə olub da. Bir bölümü də var ki, cənabızla mən Təbrizdə yaşamışıq, amma Məhəmməd Əli Şahı diktator Təbrizdə heç kəs bilməyib. Heç kəs. Bir dana xatirə yoxdur. Ki, deyək ki, Məhəmməd Əli Şah Təbrizdə bir dana xatirə ki, diktator idi. Və cəlibdir ki, məclis-i məşrutəni o adam ki, deyibdir tarixdə, yazılıbdır adına, birinci dəfə məşrutə sözün ağzı gətirən Məhəmməd Əli Şahdır. Ağzına yazıbdır, məktub yazıb, ağzına gətirməyibdir. Məktub yazıb ki, məclis-i məşrutə. Müzəffərəddin Şah məclis-i məşrutə verməyibdir. Məclisi müşavirə veribdir. Əslində məşrutədən danışmışdır. Deyir ki, bir dana məclis qurulsun, çünki qabaqdan 3 dana məclis qurulmuşdur müşavirə. Bir dana da məclisi müşavirə qurulsun, dövlətə müşavirə versin. Mən bilmirəm ki, nə istintac edirsiniz bunlar? Yəni buradakı sizin şəxsi nəzərlərinizdir. Yox, deyirəm tarixə getmiyor. Tarix bir yer tamam, siz tarixə gəldiniz amma yoxsa o cüzdə Əhməd Şahın dövründə nə olubdu? Əhməd Şahda nə olub? Əhməd Şahın demokratik dövlət var. Ona görə deyirəm ki, baxın, ona görə deyirəm ki, biz tarixə getmiyoruz. Tarixdə Yox, mən bilmirəm, siz çox bu cür deyirsiniz. Əhməd Şahdan sonra niyə bir demokratik? Əhməd Şah, yəni Məhəmməd Əli Şah gedəndən sonra Əhməd Şahın dövründə bir demokratik bir dövlət İranda bu qanun əsasında verildi. Əhməd Şah deyildi ona görə. Əhməd Şah əslən dövlət qura bilmədi ki, biraz uşaq idi. O dövlətə ki uşaq idi. 12 yaşı, 13 yaşından get 18 yaşı. Baba qanun əsasıya əməl eləməyə şərti var. Şahı ötürün. Yəni bina-i siyasının demokratik olması. Ya məndən sual soruşmayın, cavab
Ya Bax, gərək Əhməd Şahı soruşmuram ki, mən sizdən. Mən sistemi soruşuram. mən də sistemi Sistem, cavab verirəm. Əhməd Şahın devrində bir demokratik sistem var İranda. Əhməd Şah uşağı idi. Əslən Əhməd Şah Bu uşaq idi. uşaqlığa dəxli Bir yoxdur. dəqiqə, Mən bir dəqiqə. sistemin yapısını deyirəm. Qulaq asın. O zaman da ki birsinə yetişdi ki eləyə bilə fərman verə. Onda da Rıza Şah adında, Rıza Koditacı adında bir dəfə kodita elədi. Aldı əlinə, gedib çıx məmləkətdən eşiyə. Qutardı getdi. Onun Rıza Şah dövləti belə bir danışmıram. dövlətdir. 6 il hakimiyyətdə olub Əhməd Şahın dövrü. Uşaq olub da, hakimiyyətdə olmayıb da. 6 il uşaq olub da. 6 ildə, o 18 3 yaşına il yetişmədən olub. Baxın, mən onu soruşmuram Əhməd Şah nə olub deyil. Mən deyirəm ki, yapı Əhməd Şahın devrində yapı, siyasi yapı demokratik bir siyasətdir. Qanun əsasiyə paybənd siyasətdir. Əhməd Şahın devrində. Bu siyasətdir. Nəyi qəsdinizi bilmirəm. Yəni siz onu o cür görmə, Məhəmməd Əli Şahı demokrat göstərməniz, Məhəmməd Əli Şahın haqqında çox pis şeylər var Təbrizdə. Çox pis şeylər. Əslən Təbrizdə bir dənə xatirə yoxdur ki, onu deyə Var, çox xatirələr var. Tamam. Buradan geçək. Mən ora getmirəm. Ora getsə ayrı yerə. Sizin federal sistemdə baxın, mən bəlkə də Əhməd Şah özü Əhməd Şahın bu rəftarı idi ki, Qacarın Cavab Şamili. Suala cavab verirsiniz. Vallahi bunlara getmərəm. Tamam da. Lütfen suala müstəqim cavab verin. Qoyun mən rahat. Fəqət yəni mən müttəhəm olam daha suallardan gelirsiniz. Suallardan çıxırsınız. Suallardan çıxırsınız. Tamam. Federal sistemdə, yəni sizin federal sistemdə Azərbaycanın sərhədlərin necə təyin ediləcəyi? Biz sərhədlər haqqında danışdıq da qabaqca. Dedik biz bu gün biz hizb olaraq genel sərhədlərdən danışmamız lazımdır. Siyasi xəritədən danışmamamız lazımdır. Onu danışdıq. Yadınıza gəlir. Yəni bu gün düzgün deyil ki, yəni rəsmi siyasi xəritə biz də çıxardaq, hansı partiya çıxardacaq, kim çıxardacaq? Partiyanın da işi deyil bu, yəni gəlsin. Bilimsel xəritənin üstündə işləmək zərurəti var. Mənzur bilimsel xəritə yəni elm adamı, tarix, siyasət, coğrafiya, siyasətdən otursun, xəritə təxəssüs olsun, otursun, araşdırsın ki, Azərbaycan xəritəsi haradır, dəqiq. Araşdırsın, tarixi araşdırma aparsın. Axı, nə cür federal quracaqsınız? Acaba federal bəlli olmasa nə cür quracaqsınız? Baxın, bir federalın devləti, bir hizbi deyil ki, onu qorusun. Biz genel, bakın dedim size kesin de eğer bugün biz resmi xəritə versək, bu resmi xəritədə partiyaların belə fərqli var bir-birindən. Siyasi hizbilərin xəritələrinin bir-birinə fərqi var. Bir, Azərbaycan siyasi partiyalar arasında ixtilaf çoxalar ki, düz deyil. İki, xalqların hərəkatı arasında ixtilaf çoxalar. Məsələn, hani indi elə zaten de problem vardır. Məsələn, Türk məsələsi var, Ərəb, məsələn, Lor məsələsi var, Bəluç, Sistan məsələsi var filan. Yəni ona görə xalqın içində təzad çoxalmasın, xalqlar arası təzad, hərəkat arası çoxalmasın, rəsmi xəritə verməklə biz müvafiq deyilik, amma xəritənin, Azərbaycan xəritəsinin dəqiqləşməsi üçün araşdırmaların getməsinin tərəfdarıyıq. Kimsə elirsə çox da sevinərik ona. Ki, yeri gələndə bir məclis, bir siyasi güc Azərbaycanın məclisi. Yəni sizin parti, federal parti olduğu üçün deyirəm də soruşuram. Bu məsələ sərhəddin məsələsini hətta öz içində bəlli eləyibdir. Yəni deməyək o zaman siz Əlbəttə, mən sizə dedim ki, ümumiyyətlə Azərbaycan deyil, türklərin yaşadığı Azərbaycan və Türkiyənin sınırlarından Həmədan, Əraç, Tehran civarlarına yaxınlaşmaqla şəhər və kəndlərin mütləq əksəriyyət və nisbi əksəriyyətində kompakt bir bitişi ki... O zamanda, yəni o zaman ki, o güclər gələcəklər, Kürtlər, Lorlar, Gilanilər, Farslar, bizim bu dövrəmizdə olan qonşularımız da, onda bu sərhəddi federal hakimiyyət qurulanda, yəni sərhədlər bəlli olunanda, o sərhədləri o zaman bəlli eləsək savaş çıxarmı sizin nəzərinizə? Sərhəddiləri diqqət etsəz dedik Qəzvin məsələn. Qəzvində lazımi gücümüz olursa ki, Qəzvini özünə bizə aid etsin, olar mı ya olmaz mı? Lazımi gücün olsa. Məsələn dedim da Kürtlər... Yəni sərhəddilər şəhərlərdən və kəndlərdən çıxır.
Baxın, şəhərlər və kəndlərdəki biz varıq. Dedik ki, mütləq əksəriyyət, ya nisbi əksəriyyətə sahib olan bitişik bölgələr bizə aid olmaq lazımdır. Ona siyasi gücünə saxlamaq lazımdır. Siyasi gücü nümunə vuraq da Qəzvin elə nümunə vuraq ki, daha biraz elə neutral bir zonda yerləşir. Orada Qəzvində olan güclər və o Qəzvinin Azərbaycan tərkibində olmağına qərar verirsələrsə və lazımi qədər siyasi güc orada olursa ki, o şəhəri qorusun, o şəhər Azərbaycana aid olar ya olmaz? Olar. Çünki varındır siyasi gücün orada. Yox deyilsə, tərəfdarın yox deyilsə, ya çox az deyilsə, sən oraya sahib çıxılmasın. Tamam. Amma bir daha başqa məsələ də artırım ki, mümkündür ki, bir daha bizim məsələn filan şəhəri, filan kəndi bir məsələn qonşu nehru gəlib məsələn işğal eləyə. Amma hüquq qurulduğunda o şəhərin əvvələn siyasi öz gücün ki olsa, gücün lazımi gücdə siyasi və əskəri güc əldə olursa, oradan bir işğal, yəni bir şəhərimiz işğal olursa, oranın oradan çıxmasının uyarısını verməli lazımdır. Yəni mümkündür, yəni tərəf görə ki, sədmə görə çəkilməsə çəkilər. Çəkilməsə hüquq məsələsi var və Azərbaycan öz torpaqlarını öz siyasi, əskəri gücləri ilə yəni yerin salmalıdır əgərsə güc olsa. Diqqət edin, axirdə deyirəm, əgərsə güc olsa. Çünki bu məsələni yəni, əxlaq filan mehman deyil, siyasi güclə əldə olar. Ona görə bu məsələdə biraz diqqətli olmamız lazım ki, o siyasi lazımi güc əldə olsun. Niyə siyasi güc deyirsiniz? Ordu gücü demirsiniz? Silahlı Əvvəl siyasi güc olar, siyasi güc olmasa ordu olmaz. Tamam. Siyasi güc oluşduğu yerdə onun ordusu vardır deyə demək olar. Federal Siz bir sistemdə. əskərsiniz daha indi rəsmən, silahınız da yoxdur, amma elə əskərlərin əskərisiz orada oturmuşsunuz. Mən özümü düşüncə sahibi görürəm. Nə cür? Heç, yeri gəlmə, yəni sizi əskəri dəvət eləsələr getməsiniz. Gedərəm. Tamam da yəni. O qədər. Gedərəm. Amma siyasi düşüncəsi olmasaydı Mən hətta əskəri dəvət eləsələr. Azərbaycan Ermənistanla savaşanda da elamı amadəlik elədim ki, çağırsalar gedərəm. O işte orada da lap da fazlasıyla sizin yani Azerbaycan'a aitliğinizi gösterir. Federal sistemdə, yəni sizin dediyiniz federal sistemdə o yerlər, kəndlər, şəhərlər ki, mümkündür türklər orada az olanlar. Kürt çox ola, ya Lor çox ola, ya Fars çox ola, ya Ərəb çox ola, ya Bəlut çox ola, ya Gilanlı çox ola, Mazəndaranlı çox ola. Onlarda bu azlıq, türk azlıqların alın yazıların kim və necə yazacaq? Vallahi düzgün sözünü soruşsanız ona bir daha size bir diplomatik cevap verim geçen diplomatik cevap. O da budur ki yani 3 faktora dayanarak sen toprakları elde edebileceksin. Siyasi gücün, əskeri gücün, sonra da hukuk, anayasa. Çünkü o anayasa meselesinde o yani məhkəmələrdə senin toprakların hardan geçir onu tespit etmelisin. Mesela diye ki siyasi gücünə ya filan bazı şeyler siyasi gücünə, belki şeyler belki əskeri gücünə, ama bazı şeyler hukuki gücünə belki elde edebilirsin. Yani indi qalıbdı o mövzuya ki harda, nədən, mesela məhkəmə desin ki, ispat edesin ki, bu tarixən burada Azərbaycana ait bir bölgədir. Yani hukuki bir devlet kurulandan sonra ona da istinad etmək olar. Amma hər halda bu 3 gücə, hukuka, silahlı güclərinə, əvvəl aşamada silahlı güclərinə və siyasi gücünə. Tamam. Teşekkür ederim. İstediğim bir sual soruşum. O silahlı gücə təkid elədiyiniz üçün də soruşmuram. Ta İranda hukuk bərqərar olmayıb, demokratik hukuk bərqərar olmayıb və xalqların istəkləri anayasaya girməyib və anayasa praksisə keçməyibdir və o ərxeynli hasil olmayıb ki, bu iş olmalıdır. Azərbaycanda silah yerə qoyulmamalıdır. İndi sağ olun. Tamam. Orası məni rahatladı. Nə Azərbaycanda heç bir xalq o işi görməz. Yəni biz elə bir mesela çok büyük bir söz demirəm. Bu tarix siyasının en özelliğidir yani. Çünki bilmək lazım bir siyasi güc harda və necə etməlidir. Doğru. Hatta burada bir tane tıktılı sual soruşum. Demək olar ki, Cumhur İslami dağılıbdır. Hər millət istəyir ki, oranı ki təsəvvüründə özünün torpağı bilir, oranı işğal eləsin ki, sonra məclisdə qanun yazıldı, desin, mən nəsə ora mənim də iş əlində orada otururam. Hətta adamları köçürsün. Siz o şəraitə nəzir görürsünüz? Yəni, baxın, biz geçən dəfə danışıqlarda dedik ki, şiddət
savaş, öldürmə filan bu şeyləri azaltmalıyıq danışımızda. Yəni fantazi eləməməliyik. Oraya yetişəndə hər şey siyasi güc bilər ki, eləməlidir. Tamam. Federal İranda Türklərin və Azərbaycanlıların Türk dünyası ilə ilgilərini necə tərif edirsiniz? Bir dəfə də onu sualı verin. Sizin federalınızda, federal İranda Türklərin, İrandakı Türklərin və Azərbaycanlıların Türk dünyası ilə və Türklərlə ilgilərini necə tərif edirsiniz, necə görürsünüz? Çox doğal bir əlaqədir. Ələlxüsus Azərbaycan və Türkiyə ilə sınır bağlarında çox, yəni nə qədər imkan varsa burada bir şey gəldi, mənə bir mesaj gəldi. Batırız qutarır. Yox, yazır ki, Instagram qısıtlıdır. İndi saat neçədir? Mənə hələ gəlməyibdir, siz onu ötürün. Mənə gəldi ki, tamam. Ərz olsun ki, 4 saat qalır. 4 saat gedə bilirik. Buyurun. Yox, 4 saat biraz çox olaydı ki, xaradan çəkilir də. Ərz olsun ki, nə idi dedik ki, bir də deyək, bəni şey elədi. Ərz edirəm ki, federal İranda Türklərin vəziyyəti Türklərlə, təbiətən. Əvvəl Azərbaycan və Türkiyə ilə çox sınır bağımız vardır. Orada mən danışmışam orada bir başqa yerdə ki, yəni ən yüksək səviyyədə azad əlaqələr və ilişkilər Azərbaycanla, Azərbaycan əyaləti ilə Türkiyə və Azərbaycan dövlətləri ilə olmalıdır. Xalqın alış-veriş, iqtisadi alış-veriş, sosial əlaqələr, kültürel əlaqələr və hətta belə yəni evlənmələr filanlar. Yəni çox vüsətlə yəni orada açıq olmaq lazım münasibət. Çünki bu xalqlar bir tərəfdə yəni qohumlar bu yandadır. Yəni xüsusi bir durumdadır. O amma təbiidir istər-istəməz məsələn Azərbaycanın yerel dövləti yəni öz dildaş ölkələri ilə çox yaxın əlaqədə olsun, alış-verişdə olsun, Azərbaycanın gəlişməsinə o əlaqələrdən daha çox istifadə etsin. Çox normaldır və olmalıdır da məncə. Yəni hər kəs bu işi görər. Sizcə, yəni sizin partinin nəzərinə görə, məsələn Azərbaycan, İranda olan Azərbaycan, indi deyirik da federal İranda Azərbaycan var və Türklər var. Əcəba bunların Türkiyə ilə Azərbaycan sərhədləri götürülə bilərmi? Pasport işləsinlər, sərmayə qoysunlar ya? Məncə federal dövlət şey deyil, Azərbaycan əyaləti deyil. Azərbaycan əyalətinin Azərbaycan və Türkiyə ilə yəni sınırların nə qədər imkanı varsa, yəni qısıtlıları götürülməlidir. Yəni məhdudiyyət olmamalıdır. Mənim fikrim budur ki, İran dövləti qurulduğunda, əgərsə demokratik dövlət qurursa və federalçılar orada əksəriyyətlədirsə, yəni həm anayasa demokratik bir anayasa olacaqdır. Yəni demokratik anayasa oldu, qonşularla çox dostanə münasibətdə olacaqdır. Təbiətən məsələn Türklərin məsələ deyək Azərbaycan bölgəsində Azərbaycanla Türkiyə ilə münasibət yaxın olacaq. Ərəblər bölgəsində ərəb ölkələrlə münasibət yumuşatmaq lazımdır. Kürdlərin bu tərəflə o tərəf kürdlərin münasibət, bəluçlarla bəluçları bu çox normaldır. Əgər federal dövlət qurulursa, yəni belə bir əlaqələr, bağlar çoxalacaqdır. Çox belə normal görürsünüz, amma əcəba federal dövlət icazə verər ki, məsələn türkmənlər, bəluçlar, ərəblər və Azərbaycanlılar məsələn mərzi olmaya bunlar rahatca gedib gələrlər ya? Yox, mərzi olmaya adında bir şey yoxdur. Mərzi olmağı lazımdır. Qısıtlamalar olmamalıdır. Mərzi yerində durmalıdır, amma qısıtlamalar şeydir. İndi dünyada hər yerdə bu cür olur. İndi Avropa ölkələr mərzilər yerindədir, amma yəni qısıtlılıq yoxdur, gəlgət rahatdır. Yəni ticarət gəlgədidir, evlənmə gəlgədi çox normaldır. Yəni hər kim gedə bir evlənələr, sosial əlaqələr normaldır, kültürel əlaqələr normaldır. Məsələn, İttihadiyyə Avropa kimi görürsünüz ki, indi məsələn orada Avropada zahirən bir birlik var, mərzilər zahirən yoxdur. Məsələn, korona gəldi, mərziləri qoydular yerinə. Amma mərz Zərurətlər görünməz mərzi var. Deyək ki, görünməz bir mərzi var. Siz belə bir şey düşünürsünüz? Yox, mərzi vardır, bəllidir. Məsələn, Norveç ilə Suedin arasında mərzi var və Norveç də İttihadiyyə Avropada olmaz. Amma görünməzdir də. Yəni məsələn, pasporta baxmırlar. Yox, mərzdən keçəndə görürsən ki, orada yəni bir cüzü göstəriş bura mərzidir. Mənə mani olmur da. Bu cüzü görünməz deyəndə, yəni ki,
mane deyil. Orada məni tutub saxlayırlar, soruşarlar, hara gedirsən, Yok, niyə o tür şey gedirsən, yoktur yani. Ha, O yəni tür şey yoktur. O tür şey yoktur, olmamalı lazım değil. Məgər ki qanun icabatıdır. Təbiətən ölkəni qorumaqdan ötürü hani biz müəyyən qanun yazılmalıdır. O qanun çərçivəsində əməl etmək lazımdır. Amma o qısıtlılıq qanunu elə yazarlar ki, türklər eləyə bilməyərlər. O niyə tərəfə istədikləri o qanunu kim yazacaq ki, türklər eləyə bilər, eləməyərlər. Qanunu türklər yazacaq da deyəcək elə. ki, mən əgər bu icazəni versəm, bəluçlar oradan müsəlləh olarlar, həmlə elərlər, nə bilim. Ama eğer meclisin sen 51% federalistler meclisin 51% teşkil eder, kanunlar yazacaklar da. Onlar Tamam. niye o kanunu yazsınlar özlerinin aleyhine? Çünki 57 inqilabından sonra öz əleyhimizə yazdılar ona görə. 57'den sonra İngiliz Çin federal devletidir o, demokrat devlet. O heç əslən hüquq yazmadılar, hələ qala federal dövlət. Ha, o aslında Özümüzdən getdirməksə, o bir misal değil ama bakın biz bir problem içindeyiz. Biz bir daha çok büyük problem içindeyiz. Danışıqları ve çok qaba ve çok böyle acayip bir yani engel karşısındayız. təbii ki, Bu devletçilik, bu nasyonalizm, bu şovinizm, bu yani mesela ezilmeler falan çok büyük bir düşmendi. Yani biz bunu bu söhbetler için ittifakın bu söhbetlerin içinde yine onu biraz yani ağırlığını başa düşmemiz lazımdı. Ağırlığımız başa düşmə mənası deyil ki biz mesela daima nifrət bəsləyək falan vermən. Düşünməliyik, yol tapmalıyıq. Pozitiv düşünməliyik ki, biz necə eləyə bilərik bundan qutulaq, ona bir çarə qılmamız lazımdır. Ehtiyatlı əlbəttə olmalıyıq ki, yəni qorxu vardır ki, hər an sədmə görülək. tamam. Ərz edeyim xidmətiniz ki, federal sistemdə mən deyəcəm farslılar, cənabınız deyir, fars deməyin uşaqları da var. Deməyəsiniz onu da, o düz deyil. Federal sistemdə farslardan hangi hüquqi icrai təzminlər almaq olar ki, zorları çatman zaman federal sistemi dağıtmasınlar. Elə bir şey olmaz. Elə bir şey təzminini kimsə də verə bilməz, farslılar sözünde işlətməməlisiniz. Yəni, məşrutə qanun əsasını aradan apardılar, mən fars deyəcəm demək. Siyasi gücündən istəməlisiniz. Farslardan siz heç də istəyənməzsiniz. Farslar kimdir? Həsən, Hüseyin, Qasımdan istəyəcəksiniz. Ya bir siyasi hizbdən, ya bir siyasi devlətdən istəyəcəksiniz. Ona görə Tamam. ədəbiyyatı biraz formalaşdırmalısınız. Zərər verən Tamam. ədəbiyyatdır bu. Bu ədəbiyyat həkim eşitsə, hətta türklər belə Tehranda eşitsə, sizdən qorxarlar. Tamam. Sizin buyurduğunuz olsun. Yəni Yox, yani bu bakın biraz ciddi olmamız lazım bu sahədə. Çox ehtiyatlı olmamız lazım. İcazə buyurun deyim da. İndi federal sistemdə mərkəzçilərdən hangi hüquqi icrai təzminlər ala bilərsiniz ki, gücləri toplayandan sonra federalizmi dağıtmasınlar? Elə bir təzmini heç kəsdən almaq olmaz. Mərkəzçilər özləri də bir daha gücləyirlər. Fərqli partiyalar, düşüncələr, sağ, sol, orta cərəyanlardılar. Yəni, fəqət dövlətin anayasası ən önəmli bir sənəddir bir daha ölkədə. Anayasa, əgərsə anayasada bir demokratik dövlətin qanunun yazdıra bilirsək, yəni güc olsa yazılır. Yəni, orada 51% cəmiyyətin, yəni nümayəndələrin çoxluğu ilə yazıla bilirsək, o 51%-ə məmləkətdə güc var deməkdir. Yəni onu o rahatlıqda yıxıb əzib dağıtmaq olmaz. Həssasiyyət var, problem var, amma kimsə onlar deyəcəklər mərkəzçi toplumun özünün ondan mümkündür partiyası olar. Kimlə sən istəyəcəksən o hüququ? Sənə təzmin versin. Nə təzmini? Dillə, sözlə təzmin olmaz. Sən gücün olması lazım ki, o hüquq və gücü ki alımsan saxlayasan. Olmasa mümkün də əldən gedir. Bizim dövlətimiz olub gəliblər əlimizdən alıblar. Milli hökumət. Ərz edeyim xidmətinizə ki, mən öz Molla Nəsrəddin kimi bir vəziyyətə düşmüşəm. Öz yazdığımı özüm oxuyamıyorum. Ərz edeyim ki... Olabilir da. Ondan vazgeçsin o bir kesin aşağısına da. Əcəba federal sistemdə, əlbəttə bunu soruşmuşam, bəli rəsmi olaraq bir dəfə də soruşum. Cənabınız da bir işarə eləmişsiniz. Əcəba federal sistemdə millətlərin haqqı olacaq ki, qonşular onların torpaqlarını işgal etməsin deyə silahlı orduları olsun. Millətlərin sözü qəşəng söz çıxmır. Millətləri gəlib deməyəsiniz burada da. Çünki Azərbaycan
bir millət, yəni millət, etnomillətdən deyirsən da, yəni. Türklər deyirsən, millət deməkdə, yəni məsələn, türklər, kürtlər, ərəblər. Çünki qanun yazılandan sonra bölgələrə qanun yazılacaq. Bölgələrə qanun yazılacaq. Nəinki millətlərə qanun yazılacaq. Türklərə qanun yazılmayacaq. Bölgələrə qanun yazılacaq. Azərbaycan, məsələn, federaldır, Azərbaycan sınırları haradır və qanun bu iyaləti dövlətlərə hansı hüququ qaildir. Tamam. Yəni, Mənim silahlı sorumu güc hər halda saxlayır. Yox, başlatdınız. Yəni ki, federal sorun dövlətdə Aha. federal bölgələrin ordusu olmaz. Ordu müdafiə sistemi mərkəzi dövlətə aid bir şeydir. Amma orada yine bu zihniyyəti yazıdan çıxartmasın ki, federal bir dövlət olanda mərkəzi dövlətin təşkilini elə tamam güclər, yəni siyasi güclər, mərkəzçilərin əlində də bəlkə tamam güclərin əlindədir ora. Federal dövlətlər necə iştibai eləsən mənə lütfən deyin. Mən Kanada ilə Amerikanı yenə bildirmişim. Xəttkeşi qoyublar, çəkiblər. Bu eyalət, bu eyalət, bu eyalət. Yaxşı, xəttkeşi nədir? Bizim torpaqlarımızda, yəni şərqidə şeydir, addım hesabıdır. Bir addım dalı, bir addım, 10 addım qabaq. Yəni mərz müstəqim deyil, də xəttkeşinə deyil. Ayağla getiblər bu üzə, bu üzə. Oradan fikirirsiniz ki, bu yəni nədir olacaq? Siyasi ənənə hər ölkədə və hər bölgədə nə deysə tarixən, o ənənə nəzərə alınmalıdır. Yəni biz burada Amerika, o Kanada, ora İrandır. Necə sınır qurulubsa, o sınırda o cürsi qorunmalıdır. Yəni orada da bir baxsan sınırların təyin olmasında da bir hesab kitab var hüquqda. Yəni yalnız biz deyir ki, dünyada ixtilaf olacaq ki, məsələn, hə bu da belə filandır. Məsələn, balaca sınırda bu kətdir, o kətdir filan. İndi baxın, Azərbaycan 4 dənə kətdi qeytərdi Ermənistandan. O niyə qeytərdi? Yəni, Ermənistan Azərbaycanın gözünə aşıq idi, gözü qarşısında qeytərdi. Yox, hüquq və o ənənə, tarix, onu kətdi yetirdi, ki, bura verməlidir. Orada verdilər, bitdi, getdi. Yəni, əslində güc da, hüquq bir yox, yalnız güc dəyirdi. Yalnız güc dəyirdi. Orada hüquq məsələsi var. Əgər hüquqa Azərbaycanın hüququna o sınır, o 4 dənə kəndi yerləşməsəydi, Azərbaycan istəyə bilməzdi. Dünya kamuoyu da icazə verməzdi. Haqsız onu istəsin. Tamam. Acaba federal sistemdə federallaşma dav tələbanə, yəni könüllülük üstündədir, yoxsa zorla? Baxın, əlbəttə ki, kökündə hani, zor deyil, yəni bir ixtiyardır. Amma diqqət edin, siz bir insansınız, deyirsiniz ki, bu şəhərdən gedirəm o birisi şəhərə. Deyirlər ki, burada 2-3 dənə yol var getməyə. Biri maşınla gedir, biri qatırla gedir. Ya qatırla gedənlər də fərqli yollarda gedir. Bir dağın dalısından gedir, bir bu yandan gedir. Sən seçirsən ki, öz güc baxsan, məsələn, deyirsən, mənim maşınım var, yəni, treyilim var, qatırım var, atım var, ya işləyim var, hamısı ilə nə qədər hardan getsən daha yaxşı olar deyə sən seçməlisən. Ona görə bu bir zorunluluqdur siyasətdə. Yəni, strateji seçməkdə bu. Strateji seçməkdə sən mövcud imkanları əldə, yəni baxacaqsan ki, necə edə bilirsən, bu imkandan istifadə edəsən. Sənin nə imkanın var? Orada bir seçim zorunluluğundan demək olar. Yəni bu ki, mesela diye qoysaydın Azərbaycan siyasi güclərinə deyərdi, istiqlal daha rahat gedək, onu bitti. Amma görürsən ki, yox. Çox əngəllər var ki, bu şey olmaz. Ondan sonra başqa seçim zorunluluğunda qalsın. Deyirsən, tamam, o imkansızsızsa biz, məsələn, ən azı yasal yolla bu iş gedək deyə, onda federalizmi ki də anayasaya istiqlal almanı qanun geçsək, sonra məsələn, indi olmaz, 50 ildən sonra, 30 ildən sonra, 20 ildən sonra məsələn, o geçək məsələn. Yəni, bu bir yoldur, siyasətin yoludur. Sən baxacaqsan gücülə və imkanları var, o əlverişliyə və seçəcəksin yolu. Bu bir seçimdir. Bir də içində də bir zorunluluq da vardır. Ələlxüsus balaca millətlər. Əgər biz, məsələn, Amerika kimi bir dövlət olsaydı ki, məsələn, atom bombu da olsun, biraz fərqli siyasət. Onda biz təyin edərdik ki, harada oluruq, harada oluruq. İranın acaba federal sistemdə, yəni sizin federal sistemdə millətlərin, siz buyurdunuz bölgələr danışaq, bölgələrin və məmləkətlərin, mən məmləkət yazıram, ayrılmaq və müstəqil olmaq haqqı varmıdır? Əgərsə o ölkədə anayasaya de facto bölgələrin, xalqların yox, bölgələrin. İndi Tehran, məsələn, bölgələrin deyəndə, məsələn, iyalətlərin ayrılma haqqını anayasada
de facto haqqı keçirsənsə, əlbəttə, indi məsələn, Əraq var, məsələn, Kanadada görsə oldu, məsələn, ya məsələn, Britaniyada keçdilər seçimə İskotlar. Yəni, bu imkanlar vardır. Başqa yerlərdə də, bəzi yerlərdə bu işlər vardır. Hüquqda dəstək olursa, bu iş mümkündür. Ona görə də bizim təklifimiz, yəni biz federalistlərin təklifi, İranda olan istiqlalçıların təklifimiz budur. Direkt istiqlala geçmə, yəni yasal dəstək olmayınca bizə İran iç qanunlarında, dış qanunlarında, yalnız işlərdə dış qanunlarında gözəl, düzgün yol budur ki, biz yasal zəmini fərahəm etmək, bərabərcə də yasal zəmini, yəni anayasaya keçirək, ondan sonra istiqlalçılara bir yol açılıbdır. İndi nə zaman referendum imkanı olacaqdır, onlar bilirlər ki, təklif eləsinlər, qəbul olsun, referenduma gedilsin. İndi, dünən axşam qutaranda sizdən bir soru soruşdum, ona vaxt gəldi. İçindəşdiniz o soruya, ya yox? Ya sorunu yadıma saldım. Dedik ki, siz əcəba federalist, istiqlalçıların qabağında federalist, yoxsa İranın qabağında federalist? Əlbəttə ki, İrana qarşı federalizmdir. İstiqlalçılara qarşı nə federalizmi? İstiqlalçılarla biz bir yolda yürüyürük. %80 yolumuz birdir bizim. Yəni, biz hakimiyyət qurmaq istəyirik. Yəni, Türk xalqının qədərini Azərbaycanda təyin eləmək istəyirik. Yəni, istiqlalçılar yalnız Türk xalqının, 10 milyon Türk xalqının Azərbaycanda qədərini təyin etmişdir. Biz isə 30 milyon xalqın qədərini təyin etmək istəyirik İranda. Həm Azərbaycanda və həm İranın başqa bölgələrində. Bizim fərqimiz elə burada gəldikcə, bunu da diklədim ki, fərqimiz odur, yəni istiqlalçılarla bir yerdə. Yalnız bir bölüm deyil, bəlkə fərqli bölümlərdə qədər. Ona görə bizim yolumuz çox bir-birinə yaxındır. Yəni, çox anlayışlı bir-birimizlə rəftar eləməliyik. Ələl-xüsus bunu istiqlalçılara deyirəm. Çünki bizdə onlara qarşı düşmən hissi ilə xəsmanə rəftar, kötü dil, yəni yıxıcı dil istifadə eləmək yoxdur. Amma onlardan bizə qarşı çox yıxıcı dil, yəni xəsmanə dil, məsələn, belə nə deyim, hətta belə çox pis bir dillər istifadə olur. Düşmən kimi filan ələ vermə. Ona görə onlardan mən anlayış edirəm. Anlayış bəkilirəm, gözləyirəm. Anlayış olmasa bizim iş birliyimiz, yaxınlığımız biz Azərbaycanın siyasi gücləriyik. Türkün siyasi gücü. Bu siyasi güc qısıtlı bir gücü. Baxımımızda, bizim tariximizə baxdığımızda millətimiz mərkəzdən yanında durduğunda, keçən 50 il bundan qabaq Cumhur İslamının 98 ayında tamam cəmaatimiz ora rəy verməsində bilməliyik bu günü. Ki biz birimizin yanımızda durmasaq, yəni Fatihəsi Azərbaycanın oxunar. Hələ biz birimizin qarşısımızda duraq. O da bizdəyik ki, istiqlalçıdan qarşısında duraq. Olardılar ki, çox belə, yəni, ümumiyyətdə da, yəni çox geniş ümumiyyətdə desəm yaxşıdır. Əsən, yəni İrancı adlandırma, düşmən adlandırma, satqın adlandırma bu şeylər çox ağır şeylərdirlər. Fikr elə ki, sabahları bu həman zehniyyət, bu zehniyyət ki, məsələn, bir daha federalçını bilür, satqın bilür, sabahlar Təbrizə düşdü, bu məhəllə federalistlərin əlində deyək, o məhəllə istiqlalçılardır. O istiqlalçılar bu məhəllə ilə nə müamil edəcəklər? Əlbəttə, istiqlalçılar içdə bilirlər, içdə federal etiqadları var. Yəni, məsələn, müstəqil Azərbaycan, federal müstəqil. Onu lütfen bura qatmayın. O, yəni, tocihdir bu iş. Biz ondan danışmırıq. Mən də elə içdə federala qailəm. Azərbaycanın içində hakimiyyət federal olmalı dedim də, amma onu ötürün. O bəhsimizdə. Yox, istədim deyəm ki, onlar gəlsinlər. Siz buyurursunuz, bu məhəllə istiqlalçı, bu məhəllə federalçı. Bizim problemimizdən İrandır. Tabii. İranla biz İran qarşısından siyasət eləməliyik. Yoxsa Azərbaycan içində. Amma deyək də Təbrizin bir məhəlləsi, bax, komitəçilərin bir məhəlləsi şəriət mədarçıdır. Bir məhəlləsi Xomeyniçi də Təbrizdə. Yaxşı. Yəni, indi fikirlə ki, bunlar olaraq düşmən görələr, satqın görələr filan, silahı da əlində olar. Deyəcək, bu satqınlığa məhv eləyək, onda nə olacaq? Gəlib bu hücum eləsə, Azərbaycanın içində iç savaş salırsa, onda düşmənə xidmət eləmirmi? Ona görə mən onlardan anlayış gözləyirəm. Çox dərin anlayış, çox dərin anlayış. Olmursa, Azərbaycanın və Türk xalqının dərin ziyanlı olur. Ona görə biz siyasi güc kimi bu anlayışda olmalı ki, hər zaman yan-yana durmalıyıq birbirimizin yanımızda. Bir də, əgərsə xalqımız səs verəcəkdir, səs verəcək ki, indi xalqın, məsələn, %10'u istiqlal 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 %90'ın
başını qoyacaqlar kəndə Sağ ol istiqlala. Şamil, bir dənə gülməli sual soruşacağım. Biraz Soruşun. gülməli olacaqdı amma. O mərkəzçilər, xüsusən faşistlər, şovinistlər, federalçıları təzyiq tələb bilirlər ya yox? Əlbəttə təzyiq tələb bilirlər. Niyə? Bilmirlər ha. Onlar bilirsən, onlar ki İranda, deyən diqqət edin burasına. İlgincdir, gözəl sualdır. Qoy buna biraz dərinləşək. Bu gözəl sualdır. O zaman ki, keçən 100 ildə heç zaman Azərbaycanda bu 20 ildə zətdə da məsələn istiqlal mövzusu mətrə olur 20-22 ildə Azərbaycan. Yəni Azərbaycan istiqlalından sonra əslində bu fikirlər gəlib də zəif idi amma indi daha çox məsələn güclənib. Yəni keçən 30 il buna qabaqda tarixdə Azərbaycandan bir istiqlalçı adam yox idi ki heç vaxt. Yəni kim gəldi biz heç zət yox idi. Yəni heç zət olsa federalistlər var idi. Məsələn İnqilab 57-də federalistlər var idilər. Amma istiqlalçı yoxumuz idi. Amma keçən 100 ildə bizə təzyiq tələb deyiblər. Niyə? Niyə? Olmayan yerdə təzyiq tələb deyə, ya istiqlalçı deyə olmayan yerdə bizi niyə o adlandırıblar? Pəs bilə-bilə bizə təxribat aparmaq üçün, bizi gözdən salmaq, xalqımızın gözündən salmaq üçün, biz meydan siyasi qazanmayaq deyə gəlib bizə təzyiq tələb deyiblər. İndi nə ittifaq düşübdür? İndi gəlib bizim içimizdə də bir kəsim istiqlalçı olub. Olaya deyəndə ki, olaya biz o zaman deyirdik ki, tamam bizə deyirsən təzyiq tələb, biz xalqa göstərə bilirdik ki, bax, belə bir bizim fikrimiz, istiqlal fikrimiz yoxdur, biz federalçıyıq. İndi deyəndə ki, biz federal deyik, tamam, bax, gətirir, addağı çəkir göstərdi, bax, bunlar istiqlal, bunlar təzyiq vardı. Yəni, bu nə? Onun cavabı, o təbliğatın. İndi diqqət edin, İranda əfqar-ümumi təzyiq tələb çox təhlükəli bir şeydir, onu deyim sizə. Yəni, əfqar-ümumiyə mənfi təsir qoyan. Onlar indi tikrar edirlər. Məsələn, bizi də təzyiq tələb tanıtır. Niyə? Gözdən salsın da, əgər gözdən salmaqdan ötürdü, mən o şuarı verirəm, əcəba o faşist, o şovinistə köməklik eləmirəm ki, öz fikrinin gerçək olmasını topluma göstərsin. Başa sala bilirəm nə dedim? Yəni, həman şuarına mən ləbbeyk deyirəm. Deyirəm, hə, mən təzyiq tələbəm. Halbuki ailəmin içində İranın istiqlalı bir ailəmin içində müdafiə mümkün eləyənməyəm. Amma o deyir ki, adım çəkmədən də bizə ad çəkmədən istiqlal olmadan bizə deyir təzyiq tələb. Yəni bu təzyiq tələb çox təhlükəli bir şeydir. O bilir ki, ondan sonra istifadə edəcək. Milləti bizim haqqımızda qorxudub diskidəcək. İndi biz bir bölümümüz gəldik təzyiq tələb. Onlar deyirlər, buyurun. Bunlar deyirlər, dünəcən biz istəmirik, buyur. İndi hizblər də var təzyiq tələb məsələn. O cəhətdən də siz bir dənə gözəl söz dediniz. Dediniz ki, bunu ola ki, federalçılar deyənmirlər istiqlalına görə federalçılar. Qəşəng sözdür. Qəşəng sözdür. Bunun mənası budur ki, bizim toplumumuzda istiqlalı təbliğ eləmək olmaz. Yeri yoxdur yəni, fəza yoxdur. Fəza olmayan yerdə sən nə bir strateji gerçəkləşdirə bilərsən. Təbliğ eləyən bir fikri sən təbliğ eləyənmirsən, nə cür o fikri əməli eləyə bilərsən. Görürsünüz, Hərzad deyir ki, biz bir yol getməliyik. Bir yerə qədər getməliyik. Zəmin fərahəm edir. Bizim mərdumumuzun zehni, baba, bizim cəmaətimizin zehni mərkəzçilərin yanındadır. Bu vaqiyyətdir. Tamam, təşəkkürlər. İndi nə qədərsini bilmirik, amma hər halda budur. Təşəkkür. Dostlardan gözəl sözlər yazırlar. Acı sözlər yazan da vardı. Ərz edeyim xidmətçilə. Bəziləri də istəyirlər, genələr danışalar. Dostlar, bizdə bizim bərnaməmiz bir dana məmuli bərnamədir. Əslində bu bir dana çox yüksək səviyyədə siyasi danışıqlardır biz aparırıq ki, İran toplumunda getmir. Türk toplumunda da getmir. Yəni birinci dəfədir biz bu səviyyədə çalışırıq ki, şeylər aparaq. Sorularımız var, o soruları aparırıq. Bir də dostlar heç istəyirlər soru sorular. Adları, şöhrətləri və əksiləri bəlli olmalıdır. Biz tanımasaq onları belə soruların oxumuruq. Mən əlin hər kəsər nə yazır, oxuram. Üst-üstə, yəni, buradan oxuram, görürəm nə yazırlar, nə istəyirlər. Təbii ki, onda suallarında təsir qoyuram. Məncə, əgər dərin, düzgün, qəşəng, ciddi sual varsa,
Ciddi sual Oxusalsa olsa təbii. Yəni onlar zərəri təbii yoxdur yəni. oxuram. Onlar əgər ciddi bir sual olsa, amma bizim 500 sualımız var. Yəni çox ciddi dərin suallar ki, mətrəh olmayıbdı buracam, onları burada mətrəh edirik. Yəni tarixən mənim nəzərimcə mətrəh olmuyor. Bəzi dostlar birdən gəlirlər, zəng vururlar, ay yox, Yox, bu oxumamısan olub. sualların hamısına cavab verəndən sonra sual qalırsa birinə, onlar onda da yaxşı olar, o cürsə. Yəni indi hələ sualların hamısına cavab verilməyib ki. Təbii ki. Yox, suallarımız çoxdur, çoxdur. Üst-üstə siz 50 dənə suala cavab verməmisiniz buraca. Yəni 500 Baxın, sualdan 350-sini alacaqsınız. mənlə bir mübahisəli bir sual-cavab içindəyik. Bəlkə bir daha istiqlalçı dostumuzla ki danışacaqsınız, bu mübahisəz olmayacaq onlarla. Amma məndən üçün fərqli fikirdəsiniz, mübahisənin şeyi daha meydanı biraz daha çox şeydir. O da doğrudur. O da doğrudur. Yəni şey eləməyim. İttifaqən bu bəhs daha daha çox yayılacaq. Çünki bəhs burada gedir daha biraz da. Təbii ki, təbii ki. Və bunu daha çox istərlər ki, görə nə dedilər, nə istədilər elədilər. Təbii ki. İranı federal etməkin amacı nədir? Niyə istəyirik İranı federal eləyək? İranı saxlamaq istəyirik. Söz konusu deyil. İran söz konusu deyil. Bir ölkədə çalışma ədalət bərqərar olmaq üçündür. Ədalət və bərabərlik və demokrasi və müasir hakimiyyət qurulması və bir toplumun gəlişməsi və saadəti. Əslən bu üçün İranı saxlayaq, İran bir güclü, İran qədimi dövlətli, İran nə bilim nəfti var falan, bunları nəzərə almırsınız yəni. Mütləq yox. Nə mənə nəzərə alırsınız? Nə mənə nəzərə alırsınız? Xalqımızın səadəti, haqq sahibi olması, bugünkü müasir hüququna sahib durması və toplumunun gəlişməsi, qalxması. Yalnız bunlar, biz yalnız bax, bizim hərəkatımız Türk xalqının saadəti üçündür. Bu mənası deyil ki, başqa xalqların saadəti. Bizim necə başqa xalqlar, məsələn, kürdlər özlərinə çalışırlar, farslar öz toplumunun gəlişməsinə çalışırlar və ya bəlusunlar. Biz də normal olaraq bizim millətimizin əzilməsi, bir istimara məruz qalması, ayrı seçkiliyə məruz qalmasına qarşı mücadilə edək, bərabər haqq qazanmaq üçün. Bu qədər. Yəni biz bir kəslə yanlış, bizim əsas işimiz budur. İş birliyinə girməmiz, onlarla müzakirə eləməmiz, seminar aparmamız, yəni hamısı demokratik həqləri qazanmaqdan ötürdür. Məsələ budur ki, biz baxırıq, görürük ki, məsələ bizim xalqımızın, yalnız bizim xalqımızın gücü tək, yəni bu hərəkatın gücü yetərli deyil İran rejiminin meydanına aparmağa. Gedəcək nə? Onlar ki, bizlə yaxındılar, onların iş birliyinə. Yəni o gücü əldə etmək üçün. Məsələn, qeyri-fars xalqların gücləri ilə şəraitimizin uyğun olması, bir bərabər durumda olmamız çox rahat bir-birimizə yaxınlaşırıq. Mərkəzdə olan demokrat güclərlə ki, bizim haqlarımızı rəsmi tutanırlar, onlarla yaxınlaşırıq. Bir etilaf da var, dedim sizə. Etilaf, federalistlərin etilafı. Orada ki, yəni o lazımi güc əldə olsun ki, İran rejimi ixtilafda eləyə bilsin, siyasi manovr verib və bu haqları əldə tutmağa bir iş görə bilsin. Yəni, dəxli var. Bir də bu fikir, bu zehniyyət ki, məsələn, bir İranı saxlamaqdan ötürür, onu saxlamaq, bir Türk insanına ki, İrandan daima həqarət, onu ayrı seçilir, onu təhqir edilmə gəlibdir. Bu zehniyyət necə onda ola bilər? Nəcür ola bilər onda? Yəni, bu zehniyyət məncə bizim istiqlalçılarımızda güya var ki, federalistlərə qarşı bu bir zehniyyəti təbliğ ab. Mən bilə, bəlkə bilməyə, amma bizi, yəni federalizmi aşağılamaqdan ötürü bizə İrancı tanıtdırmaq, İranı qorumaq istəyirlər, o İranı, bunlar kuruşçudurlar, nə, yəni bizi xərablasınlar, amma yəni bir yerə varmazlar, yəqinim var. Bizim tariximiz, bizim də bir tariximiz var. Federal sistemdə İranı bütün saxlamanın hangi faydaları var? İranın bütün saxlamağının bir kəsə bir amac deyildir ki, biz onun faydasından və ya qeyri-faydasından danışaq. Yəni, kimsə bu təlaş içində deyil ki, İranın bütövlüyünü saxlasın, ki, görək onun saxlamağının faydası var, ya zərər. Kimsə belə bir, yəni bizim partiyadan soruşdan belə bir amacı yoxdur. Biz baxırıq, görürük siyasi şəraiti, kültürel şəraiti, iqtisadi durumu
və iç siyasəti, dış siyasəti, iç hüququ, dış hüququ arazı bir yerə yetişəndən sonra görürük ki, biz haqlarımız, bu xalqın, türk xalqının düzgün bir haqq əldə etməsinin həm nə imkanlar var? O imkanlar çərçivəsində seçməliyik. Məsələn, deyək ki, indi federalizm və istiqlal məsələ seçimi vardır. Biz bilirik ki, federalizm əlverişlidir deyə xalqımıza haqq qazanmaqda çalışırıq. Həm İranı qorumaq, nə faydası var, nə faydası var. Bunlar əslən söz konusu deyil. Ondan xaric bir sorudur. Tamam. Hangi səbəblər və çıxarlara görə İranı federal sistem ilə qorumaq və saxlamağa dediniz ki, ehtiyacı Yine yox. koruyun, yine çalışır, yani suallar yani siz yok. Suallar çalışır ki bizi İran'ı korumak, bizi korumağa itham eləsin. Yani sual samimice olsaydı derdi ki, nedir? Federalizmi ne hedefler için istiyorsun mesela ama İran'ı korumak. Yani bizim söz bir şeyimiz değil, amacımız değil yani. Tamam, elə özünüz də sualı soruşdunuz, ona cevap verin. Neydi sual? Siz özünüz soruşdunuz. Yani Hangi hədəflər sözün üçün, gelişi dedim bir şey daha. hangi hədəflər üçün federalizmi istəyirsiniz? İran'da bakın bir daha bir mesele vardı. İran'da eğer biz eşit ve beraber hakkı temin ediyorsak halklara, yani halklara da beraber hakkı temin eder. Ve bizim o dil siyasetimizde İran'ın mesela diyeyim de dil siyasetinde merkezi devletin en azı bu iki dil yani Türk ve Fars dilinin merkezi devletin resmi olması dil siyasetinde değişilmez. Ve o program ki danıştık da beraber bir siyaset emal olsa bence adalet yerini tapıbdır. Beraber hak tapırsak, beraber hukuk karşısında beraber olursak, öz halkımızı yönetme hakkımız olursa, yani böyle bir hakkı tapabilirsek beraberlik var da burada birbirine sürtmelemenin manası olmaz yani o manada. Ona göre eğerse beraberlik olursa bir federal sistemde problem nedir yani? Ne yani? Onlar yalnız budur var. Bir toplumun adı ile Fars mesela milliyetçiliğin adıyla başka milletlere iktidar ve esaret meselesi olarak esaret ləğv olursa da tam anlamıyla esareti ləğv edebilirsen de sen insan kimi, xalq kimi, millət kimi rəsmiyyət tanrısı öz bölgəni özün özü idarə etmə haqqı tapırsansa çok büyük bir gelişme. Çok büyük. Ne istiyoruz? Özümüzü idarə etmək çalışırıq da. İndi sabahlar deyək, baxın şeye nədir bu? Bura, Avrupa Birliği'ne. Ölkələr idilər, meydan siyasette dünyada söz sahibi olsunlar. Bir araya geldi, Avrupa Birliği'ni düzeldiler. 300 milyon, 360 milyon insan bir araya gelir. Bir böyle oluruz. Dünyanın sülhü, dünyanın ekonomisi, dünyanın demokrasisi, dünyanın siyasetinin dolanışında söz sahibidir. Yani bu özü çok mühim mesela. Yani biz İran meselesinde İran demokratize olsa, Türkiye demokratize olsa, Irak demokratize olsa, kim olsa bu ölçeler ister istemez yani bunlar hamısı enerji kaynakları merkezli bölge, Orta Doğu bölgeler. Orta Doğu bölgeler bir araya gelip bir İttihatiyyə Avrupa kimi bir araya gelse biz nerededir? Yok diyeceğiz ona. Yani bunlar bir şeylerdiler ki sen yalnız öz milletinin ya özlün yani öz halkının menafeine düşünen siyaset kurmalısın. Bu kadar. Federal İranı quranda ve İranı koruyanda tamam, o koruyandan biraz adaletli olun da suallarda. Amaçlar millətlərin iradələrin yürütmək, istəklərin işləmək, milli yaşamlarına yol vermək, özlərinə layıq gördükləri tərifləri və haqları yaşamaq mıdır? Yani biraz onu kırıklayabilirsin bu sualı. Yani federalı buna göre kurulsuz xülasə desəm ki, millətlər öz iradələrini emal eləsinlər, öz istəklərini işə gətirsinlər, özləri yaşasınlar, özləri kimi, istədikləri kimi. Elbette ki olurdu. Yani bir adilane ve beraber haklarla bir ölçüde ise millet var da diye. Ya hatta azınlıklar var. Fark edemez. Azınlıklar da beraber eşit bir hukuk çerçevesinde yaşasınlar. Onu ötürü elbette. Bu sualı önceden soruşmuş ama bir dəfə də soruşum görüm. Nəzərinizi xülasə deyin amma lütfen.
Bəlkə nəzərimi dəyişmişəm deyəsiniz yəni. Yox, yox, dəyişməmisiniz. 3 dəfə eşitmişəm. Amma xülasə istəyirəm. Çünki kitabda gələndə bu cavabı xülasə yazılsın. Tamam, xülas olur. Federal sistemin İranda qurulmasına yer və macal istiqlal ilə müqayisədə indi nə qədər görürsünüz? Federal, məsələn deyək bir dərəcə nəzərdə, bir 10 nəzərdə alınır, 1-dən 10-a qədər deyək. Bu gün məsələn federalizm qurulmasına 1-dən 10-a qədərin, bu günləri 1-dən 3-ə qədər imkanı var. 3,5-a qədər imkanı var. Tamam. İstiqlalın isə 0 Tamam. imkanı var. Tamam, təşəkkür. Hangi güclər, baxın, belə söz verəndə təşəkkür edirəm, gedirəm. Cavab müstəqil və gözəl. Bu suala qalıb cavabı. Hangi güclər federalizm ilə müxalifdirlər? Federalist olmayan güclər federalizmlə müxalifdirlər. Federalist olmayan siyasi güclər həm istiqlalçılar, həm də mərkəzçilər müxalifdirlər. Yəni, bir daha bir manşet cümlə deyimsə, yəni istiqlalçılarla mərkəzçilər müttəhiddirlər. Bir daha siyasətdəki federala qarşı mübarizə edirlər. Tamam. Federalizmə qarşı Qəşəng sözlər, istiqlalın zəiflərindən biriydi o da. Tamam. Federalizm bir siyasi, uluslar arası hukuki bir milli hak mıdır? Yoksa bir idare sisteminin seçimi və davtələbanədir? Yox, hukuka dəxli yoxdur federalizmin. Bir idarə sistemidir, bir siyasi yönetimdir, bir siyasi sistemdir. Yəni bir qabdır ki, onun əsasında bir ölkə dolanır. Yəni siyasi sistemdir, hukuk deyil. Hukuk yazılı onun içində. Fərqli federal hökumətlərdə fərqli qanunlar var. Bir genel baxımından birdirlər, amma otoriter federal dövlətlər, yəni antidemokratik federal dövlətlər var, bir də demokratik federal dövlətlər var. Demokratik federal dövlətlərdə həqqlər bərqərar, antidemokratik, məsələn Rusiya və Çin də federaldılar. Amma bunlarda antidemokratik bir sistemi siyasi var, ona görə eşitlik təmin olunur orada. Amma Kanada gəldiyində, məsələn, Belçikə gəldiyində, Almana gəldiyində, yəni Alman deyəndə Suisə gəldiyində buralarda tamamen demokratik bir sistem qurulmuş durumundadır. Gözəl. Amma o ölkələrdə yox. Federalizmə yer olmazsa, imkan olmazsa yəni, yoxsa federalizm mümkün olmazsa, yəni bir şərait gəldi ki, federalizm mümkün olmadı. İstiqlala necə baxırsınız? Mən bunu təkrarən deyirəm ki, yəni federalizmə imkan olur, yəni əldə edə bilməsəksə, yəni əldə etməyə imkanımız olmursa, yəni bu o deməkdir ki, bizim lazımi siyasi gücümüz federalizm gerçəkliğində yoxdur da yəni. Əgərsə federalizm 2 çox geniş vasitədə güclərlə əldə olacaq, başqa xalqlar onun yanında duracaq. Azərbaycandan çıxdı, Azərbaycandan ötərdə yaşayan türklər onun yanında duracaq. Fars demokratları onun yanında duracaq. Bu güclərin bir yerdə olması ilə federalizmi əldə edə bilməsəksə, istiqlal ki, fəqət Azərbaycanda xeyli fars xalqların olmadığı bir yerdə, türklərin başqa bölümləri olmadığı yerdə, hətta onlar müxalif olacaqlar. Dedim, onlara tozih verəcəm. Başqa türklər müxalif olacaqlar istiqlalından hətta. Çünki onlar daha çox əziləcəklər. Ona görə çox qısıtlı bir gücü olur. Əmələn, yəni qeyri-mümkün olur istiqlal mövzusu. Tamam. Ərz edeyim xidmətinizə ki, istiqlalçılara necə yanaşırsınız? İstiqlalçılara çox demokratik yanaşırıq. Onların istiqlalçı olması düşüncə baxımından dünya insan haqları bəyannaməsinə mərbut olan bir şeydir ki, bizim inancımızdır, dərin inancımızdır, fikir azadlığı. Onların həqləri var, hər necə düşünürlər, düşünsünlər, istiqlalçı olsunlar və fikirlərini aparsınlar. Bizim əgər tənqidi yanaşmamız var və ya düzgün bilmirsə, onlara demokratik tənqidçiliyə öz həqqimiz bilirik. Amma onların istiqlalçı olmaları olan haqqı bilirik, Azərbaycanın siyasi həyatında olan varlığını qəbul edirik normal olaraq və bu işi davam etdirir. Və elə buna görə də onlardan dərin anlayışı bərabər bu yükü, milli mücadilə yükünü bərabər daşımaqda onlardan çox geniş anlayış tələb edilir. Və bunu xəsmanə istiqlalçılarla keçici mərhələdə
birləşməyi düşünürsünüz. Yəni birləşmək nəinki ha? İdğam. İdğam yox. Amma bəzi amaclar üçün əməkdaşlıq mərkəzi şura kimi bir düşüncəz var mıdır? Məsələn, liderlik şurası məsələn. Belə bir Çox düşüncə. gözəl bir sualdır. Çox gözəl bir sualdır. Mənim bu sözümdə dedim ki, mən istiqlalçı qruplardan və istiqlalçı insanlarımızdan federal düşüncəsinə qarşı geniş anlayış gözləyirəm. Əgər bu geniş anlayış olursa, bizim aramızda işbirliyi çox məqdur, mümkün və gərəklidir hətta. Gərəklidir. Bunu demək olar. Amma indiyə qədər Bəs onda belə soruşum. Əcəba, məsələn, o İrani Federal Cəmiyyəti ki var ha, orada. Orada əslində belə bir düşüncə o mətrəh olubdur ki, biz istiqlalçılarla bu geçici mərhələdə birləşə bilərik, bir şurayı mərkəzi, liderlik mərkəzi bir şey ki, məsələn, içəridə hərəkətlər gedir, onları eləyə bilərik, bir mərkəzdən müdiriyyət edir. Elə bir şey düşünmüsünüz heç orada? Yox, orada o şey mətrəh deyil ki, orada bir dənə platform var. Elə bu bir dənə yəni, siyasi etilafdır. Orada bir platform var. O platformda federalist olmaq şərtidir. Yəni, federalist olmayan qrupda girənməz. Yox, girməyi demədim. Amma, məsələn, İranda bir dəyişimlər olacaqdır. Gücdə, siz də buyurduğunuz, %80 biz, %80 biz bir-birinə yaxınıq. Bu %80 əməkdaşlıq eləmək. Məsələn deyirəm, amma məsələn, içəridə bir hərəkət başlandı. O hərəkəti liderlik eləmək üçün ixtilaf çıxmasın ortada, hələ bu geçici mərhələdə rejimi yıxaq, bir əməkdaşlıq düşüncəsi gəlibdir, ya yox? Ortaya çıxır. O səviyyədə meydana gəlməyibdir, amma onun bir başqa yönləri vardır. Birinci dərəcədə, yəni dəqiqən bu şey ki, istəyirəm ki, istiqlalçı təşkilatlardan və fəallardan ki, federalizmə qarşı həqiqətən anlayışlı davranmaqlar lazımdır. Bu, o həman dediğiniz iş yaxınlığını, iş birliyini şərait yaradır. Biz iş birliyi əlbəttə getmişik. Məsələn, İmbirazə konferansı, seminar getmişik. Çox işlər, yəni müştərək işlərdə, ana dili günündə hər kəs fəaldır, biz də fəalıq, seminar qoyulub filan olub. Bu işlər olubdur. Yəni iş meydanı, iş birliyi olubdur. Amma bu zaman geçdikcə biraz istiqlalçı kəsimin tərəfindən federalistlərə anlayış məsələsi çox zəifləyibdir. Qabaqcalar şərait daha müsaididir. Amma sonra yavaş-yavaş bu təşkilatların düzəlməsi və daha çox yavaş-yavaş ara açma və hətta xəsmanə mövqeyi tutma, yəni onların anlayışın federalçılara qarşı zəifləmədə biraz ara açdı. Yoxsa birinci dərəcədə məncə Azərbaycanı qorumaqda da əgər o cür bir hadisə siyasi gəlirsə qabağa, Azərbaycanın siyasi gücü nədir? Elə vardı da. Sizin bunlar deyək ki, yox, bu olmasın, o olsun. Bunlar düşməndir filan deyir, yəni Azərbaycanın gücünü zəiflətmək mənasına gəlir. Ona görə mən üçün bilirəm ki, federalistlər tərəfindən anlayış var, amma istiqlalçı tərəfindən anlayış çox zəifdir və hətta xəsmanə rəftarzat da var. Onlar anlayış göstərsələrsə Azərbaycanın siyasi gücünün birləşməsinə imkan var və hətta bəzən iş birliyi sahəsində də bir işlər görmək əlbəttə ki, məqdur və mümkündür. Fəqət indiyəcən o ki, bizim iş birliyimizi və ya bəzi müştərək işlər görməyimizi qarşılanır, o anlayışdan uzaq davranışlar, sözlər, mövqelərdir ki, istər-istəməz Əslində, onda gələk bunu soruşam. Əcəba, sizin parti istiqlalçılarla danışmağa giribmi? Əlbəttə danışım. Çox uzun danışıqlarımız olubdur. Çox uzun, saatlarca danışıqlarımız olubdur. Və bəzi işləri də görmüşük bərabər. Bir aşamada. Sonra bəzi nədənlərə görə yenə ara açılıbdır. Tamam. İndi bir dənə də dostlar burada bir sual mətrəh elədilər. Amma o sualı mən biraz dəyişdirəcəm. O da budur. Federallara baxanda bəzi federallar şimdi qondarma federala bənzir. Məsələn, Lobnanda federal, Əraqda federal, Əfqanistanda federal. Bunlar biraz qondarma gəlir mənə. O cümlədə məsələn Lobnanda nə bilim, müsəlmanlar rəis cumhur olsun, vəzir kim olsun, rəisi məclis kim olsun. Əraqda da belə bir şeydir. Yəni, Əraqda da məsələn, müsəlmanlar rəis cumhur olsun, ya Kürdlər rəisi məclis olsun, ya tərsəsi. Belə bir şey var. Sizin federalda, İran federalda nədir bir sistem görürsünüz? Başkanlıq sistemi. Başkanlıq sistemi, yəni bu sistem ki, Əraqda vardır və ya Lübnanda vardır, bir
bir müəyyən gerçəkliklərdən qaynaqlanır. Məncə hətta biraz da yəni biraz da ədalət bərqərar olsun deyə, amma bunu sembolik formuda bərqərar etməkdir. Yəni Əraqda yəni kütlər 16% cəmiyyətlər Cumhurbaşqanı kütlərdən olur, amma qüdrət icraçısı yoxdur. Yəni formel rəis cumhurdur. Çünki orada parlamentarist sistem var, əsli qüdrət Nuxus vəzirinin əlindədir. Məclis rəisini sünnilərə verirlər ki, yenə də orada bir azınlıq, yəni şiələrlə müqayisədə, yəni məclis rəisi məclisin daha çox güclü biraz güc imkanları var. Ondan sonra amma yürütmə və ya qüvvə qəzanın rəisini verirlər şiələrin əlinə ki, çoxunluqdadırlar. Və də ucuzdur, Lübnanda da ucuz bir sistem var. Çox sünnəti bir sistemdir və olmamaq lazımdır. Bir demokratik ölkədə vətəndaşlıq hüququ ilə və ləyaqət və ya yetənəkə dayanaraq işlər görülməlidir və xalq yetkin insanları seçməlidir. Yəni birinin dini belədir, dini elədir, onunla ötür siyasət seçmək düzgün bir müasir demokratik sistemlə uyğun deyildir. Ona görə biz İranda əsla elə bir şərait də yoxdur İranda. İranda yəni dini cəhətdən şiələr çox geniş vasıtır. Sən %80 bəlkə %75 İranda mesela şiələrdirlər, %20 mesela sünnilərdir, ondan sonra 5% də o birisi fərqli dinlər falan. Elə bir durum da yoxdur ki, o cür bir bölüm məsələsi olsun. Bölümü də mən demokratik görmürəm, müasir görmürəm. Ona görə heç İranda elə bir fikir də heç kəsin tərəfindən meydana gəlməyibdir ki, güc bölünməsində filan dini sahibi olsun. Belə bir siyasət heç kəsin tərəfindən, nə mərkəz tərəfindən, nə çevrə tərəfindən gəlməyib və biz də onun tərəfdarı deyilik əsla. Biz yəni demokratik bir siyasətin tərəfdarıyıq. Məmləkətin yetənəkli insanların seçilməsi ilə ölkənin irəliləməsinin tərəfdarıyıq. Cənab Şamili, üstündə bu federal bəhsi mən qutardım burada. Əgər sizin bir şey vardı ki, mən deməmişəm, amma sizin zehninizdə var ki, bunu buyurasınız, onu buyurun. Yoxdursa, mən o birisi bölümə geçim. Vallahi mən heç də deyəməyəcəm. Bu sual elə bir sualdır ki, indi mən saat neçədir indi? Saat 7, 3 saatı biz danışırıq, 2 saat yarımdan çoxdur. Ondan sonra sizə bir bu cür sual verirsiniz, yəni mənim beynim gedib hardan bir şey tapacaq, gətirəcək. Yox, tamam. Yəni mən nəzərimə tamam soruları soruşdum. Məncə, nə mənə mövzumuz nədir indi? Baxın, indi onu deyəcəm. Baxın, mən 10 yarımdan çox qala bilməyəcəm üçün. Saat neçədir indi? İndi 15 dəqiqəmiz qalır. Tamam. Bir vətən mövzusu var. Bunu danışmışdıq. Amma burada bir çox belə uzun danışacaqdıq. Bu da qalsın. Vətəndaşlıq haqqına keçək və haqqa gedək. Haqq məsələsi. Məncə haqqı danışaq, vətəndaşlıq onun içində gələr hərdən. Əlbəttə sonra siz bunları cavab göndərəcəksiniz. Yəni bunları umaram video ilə göndərəcəksiniz. Biraz haqqın elə, yəni biraz qısıtlı 15 dəqiqə danışacaq. Haqqı danışaq, o bizlər qalsın. Tamam. Yəni yavaş-yavaş danışaq. Bunu mən dünənləri Salih bəy Yıldırım cənablarına səs qoydum, danışdıq hətta telefonuna. Yox, cənabıza da indidən deyim. Bir dana müşkülə rast gəldik. Salih bəy səsinlə göndəribdi. Tamam, cavabları için suallar səsinlə göndəribdi. İndi televizyondan bu yayılacaqdı. Biraz gözəl görsənmir. Video ilə gəlsə, biz bunu yapacaq. Sizdən xahiş edəcəm ki, qalan suallar ki, %85-90 qaldı qalanları, onları video ilə göndərəsiniz ki, mən onları eləyə biləm rahat televizyondan daha gözəl görsənər də, yəni ona görə. Tamam. Arz edeyim aslında onda bəs 1-2 dənə sualı danışırıq, yəni yekunlaşdıraq da. Mən çalışıram haqqı danışaq. Haqqı danışaq sonra gedir. Yəni 15 dəqiqə eləyində, çünki mən biraz sıxıntı aldım. Vaxtımı aldın da lütfen. Arz edeyim haqq. Haqq qavramından sizin düşüncəniz və tərifiniz nədir? Haqq. Haqq. Haqq dediyində əlbəttə fəlsəfi bəhs də biraz o haqq məsələsi, amma hər halda haqq iki sahədə bir toplumda bir hüquq sahəsində, bir də əxlaq sahəsində toplumda bir insanın
veya bir toplumun ədalət bərqərar olmaq üçün dayanılan tərəzidir. Yəni, bir tərif elədim də. Yəni, Qazançdan bir deyince ayrıca başta. deyim. Yəni, haqq toplumda ədalətpərvər sistemin qurulması üçün haqq bir hüquqa dayanmaqla, bir də əxlaqa dayanmaqla toplumun ədalətli qurulması üçün lazımi bir faktordur. Tamam. Tərifiz budur. Əgər siz başa düşdünüz, hər kəs başa düşdü. Yox, mən başa düşdüm nədir, amma mənim tərifinə müşkülüm var, ona görə bəhs almayı eləməyəcəm. Haqqın mənşəyi və kökü nələr? Yəni, cənabınız indi dediniz ki, qanun, əxlaq və toplum. Bu üç dananın kök dediniz əslində. Amma indi mən təzəşdən soruşuram. Qanun və əxlaq dedim. Tamam. İndi, yəni kökü nədir? Haqqın kökü. Haqqın kökünü qeydəndə olacaq ki, biraz bəzi filosoflar, fəlsəfə sözüdür bu haqda. Çünki necə fəlsəfələr tərif ediblər, falan ediblər. Məsələn, deyək ki, John Locke bir filosofdur, məsələn. O haqqın tərifində bir şey var. Yəni, haqq nədir bir şeydir? Bir doğal, yəni haqq bir doğal varlıq, eyni halda sosial, ictimai anlaşmaların əsasında əldə olan bir şeydir. Yəni, həm sənin içində bir haqq duyğusu vardır deyə, yəni sadəcə isə, həm də sosial, ictimai anlaşmalarda ya sözləşmələr əsasında əldə olan bir faktordur. Yəni, ədalət qurmaq üçün. Tamam. Yəni, məsələ, başqa bir filosof da vardı. Bəlkə onun çox adlı şeylər var bunun haqqında. Bir başqasında desəm, doğal haqq olaraq bir başqa nəzərdə var. Haqq doğal olaraq, yəni içdən gələn, doğal olaraq və bir devlətin vasitəsilə emal olan bir faktordur. Yəni, qanun olmaq lazımdır ki, haqq bərqərar olsun deyə. Sizin özünüzün fəlsəfəzdə nədir? İndi mənim açımdan insanın ədalətə, insanın içində ədaləti bərqərar etməyə bir tərəzi var. Onun adı vicdandır. İnsan içində, yəni yapısında var insanın vicdan. İnsanın içində olan ədalət tərəzisinə baxaraq haqqı təyin etmə bir mühüm faktordur. Qanundan qabaq, hüquqdan qabaq, yəni vicdana dayanaraq haqqı təyin etmə. Əlbəttə, o bizim hizbimizdə zətdə yoxdur bu tür şeylər. Mən burada danışıram. Hizbidə haqqı filan bu şeylər bizim bəyənamədə bu şeylər tərif olunmayıb. Yəni, özüm burada danışıram. Ona görə insan vicdanı ədalət tərazisidir. Ədalətin mənası haqq, yəni o bərabər haqq. Məni salırsınız girə da, indi vicdan nədir? Vicdan o hiss edir ki, bir eyləmdən səni görüb, hiss edib ya əməldə o sənin zehninə, hissinə müntəqil olur və normal, yəni doğal bir reaksiya gəlir sənə. Məsələn, görürsən ki, küçədə bir uşağı döyürlər deyək. Sənin içindən çıxan vicdani bir reaksiya, onun döyülməsinə qarşı bir hiss varsa, o vicdandır. Və o vicdan... Vicdanın ərəbcədə çox gözəl mənası var. Amma bizim də indi vicdan bundan ibarətdir. Toplumdan aldığımız şeylərin adı vicdandır. Toplumdan? Toplumdan hər nə ki alırıq. Məsələn, misal vursam. İran-Ərəb savaşında, İran-Ərəb savaşında biz onları öldürürdük, bizimkilər, yəni İrancılar da, onları öldürürlər, Ərəbləri. Onlara deyirlər, bedərək mi asılsın? Adam da, eyni adamdır, bu da adamdır, o da adamdır, heç vəlqələri yoxdur. Amma ona deyirdi, bedərək mi asılsın, sevinirdi. Bu birisinə deyirdi, şəhid şud ağlırdı, özünü öldürürdü. Vicdan... Yox, siz yəni, diqqət edin,
Yəni o ümumən o vicdana dəxli var. Yəni orada nə cür ona baxaq. Şəraiti tənqid siz yenə yəni bir dəfə siz bir dana hadisəyə 2 gün rəftar göstərdiniz. siz Bir dana hadisə siz bir dana şey siz bir dana Çin'e apardığınız özel tənqid şəraiti öldürmək Yox, dedik sonra getmir. baxın, özəl Amma ərz elədim ki, bir dana şərait, bir dana mövqeyiyyəti yeksan farsça desək. Bir dana mövqeyiyyət 2 dana toplumda eyni reaksiyonu almır. Mütəfavit olur. Yəni bağlıdır vicdan o toplumdakı təbliğata, Yaxşı. o toplumdakı algılara. Mən bunu sizə istəyirəm. Yaxşı. Əlbəttə bunu davam etməyəcək çox. Yəni qəşəng dəyərim, fəlsəfi təsirim. Amma bir daha bir söz deyim sizə. Mən dediyim ədalət tərazisi vicdandır insan içində. Yəni otomatikman insanın içində bərqərar olan ədalət vicdandan qaynaqlanır. Və onu siz tərəfi müqabil olmayacaqsınız. Savaşdan mənlə biri savaşıram, mənim vicdanımla deyil. Sən eşikdən bir tamaşaçı kimin bir hadisə ilə yönəlirsən. Sən müdaxil deyilsən orada. Sən yalnız baxırsan ora hadisəyə. O hadisədə ədalətli və ədalətsiz vəziyyətə məsələ deyək ki, bir uşaq görürsən ki, yerir, məsələ başmağı yoxdur ayağında məsələ. O da yoxsulluqdadır, bilirsən də, yoxsul. Onda sənin içində bir acınacaqlıq hissi əl verir ki, bu məsələn bir balaca uşaqdır. Elə zehnimə gələn misallardır. Qabaqca düşünməmişəm. Onda deyirsən ki, bax, bu uşağın başmağı yoxdur. Orada bir ədalətsizliyə uğrayan bir hiss sənə qarşılaşsan. Ya dedim, biri görürsən ki, uşağı məsələn döyür. Əlbəttə, sənin kültüründə uşaq döyməm şey olar. Deyirsən ki, bax, uşaq, yəni, çox, hətta bunu heyvanlar aləmində də görmək olur. Misalımız düzgün deyil. Məsələn, görürsən ki, böyük bir, məsələn, bir əslan ya şer, məsələn, ahunun balasını qorumağa çalışır, məsələn. Halbuki, onun işi onu yeməkdir da. Məncür vicdan odur bir şey. Yəni, otomatikman adilanə bir ədalətə bir tərazi üçün içimizdə. O, ədalət mövzusu nədir? Haqq mövzusudur. Ədalət mövzusu da haqq mövzusudur. Yəni, məncə bu fəlsəfədən çıxmalıyıq. Biz getməliyik gəlsən dünyaya. Fəlsəfə əhliyəm ona görə. Onu qoyun ayrıya da danışarıq. Çünki burada biraz şeyə getməliyik. Gerçək dünyaya. Haqqı kim tərif edir? Haqqı kim tərif edibdir deyə mən dedim. O cür yox, filsufları demirəm. Haqqı toplumda kim tərif edir ki, sən haqsızsan, haqsızsan? Haqq toplumda iki açıdan, iki mənzərdən haqqı görmək olar. Bir hüquq mənzərindən görmək olar, bir kültür mənzərindən görmək olar. Yəni kültür mənzərində sənə o kültürün sənə verdiyi yaxşı pis. Kültür nə deyil? Bu yaxşıdır, bu pisdir da. Sənə verdiyi o kültür, məsələn, Əfqanistanda yaxşı pisə ayrı bir şey görürsən, məsələn, Fransada yaxşı pisi başqa şey görürsən. Bu kültür baxış açısıdır. Yəni, bir toplum geriyə qalmış olsa, onun kültür və yaxşı pisi, yəni haqq və nəqsizi necə görürsə, biraz fərqli görür, amma demokratik və ya gəlişmiş bir toplumda əgərsə kültür meyar olursa, amma əsasda bu kültürü meyar tutmamaq lazımdır. Çünki kültür daima dəyişmə halındadır. Kültürdə sabitlik yoxdur. Amma hüquq məsələsi var. Hüquqdur ki, haqqı sənə təyin edir, eləmir. Haqq yəni nə demək? Haqq yəni hüquq da, hüquqdan danışır. Və bugünkü dünyada danışdığımızda, məsələ, əsas sənəd hüquq üçün bir anayasadır. Sonra ona anayasaya dayanan, yazılan kurallar, qanunlar filanlardır. Əsas hüquq budur. Ədalət odur ki, yəni o haqqın yerinə gəlmə o mənadadır ki, bugün o yazılan hüquq odur ki, varsa yəni gerçəkləşsin, emal olsun. İndi sorum. Bir haqq var. Məsələn, Amerika çox rahatca gedir, Ərağı bombaran edir, Əfqanistanı bombaran edir, Libini bombaran edir, Suriyəni bombaran edir, Rusiya da o cürsün. Yəni demirəm ha, yəni Fransa falan yer işğal edir, bombaran edir, obrisi. İndi burada və cəlib budur ki, dünyada etiraz eləmir, ya az etiraz edir, ya əslən dövlətlərə etiraz eləmirlər. Məsələn deyirəm ha, burada haqq
haqqı kim tərif edir? Nə cür tərif? Hangi müdaxilə tərif edir? Orada hak değil ki, orada güc ki əməl eləyir. Orada hak məsələsi söz konusu değildir. O mesela Aslında biz hak deyəndə haqqıdan danışa bilirik. Yəni bu şəraitdə biz haqqıdan danışa bilirik. Çünki haqqı var. orada Güc var. Haqqı orada bəlli edən. Yəni qoy sualı belə soruşum. Haqqı güc bəlli edir ya güc haqqı bəlli edir? Bu gözəl sual. hakkı güc belli edir ya güc Ya, hakkı belli edir. Aha, hangisini bəlli edir? Hakta hak gücü belli eləmək lazımdır. Eğer güc hakkı verirse birine orada hak icra olmayıbdır deməkdir. Niye? Çünkü güc vasitəsilə bir hak əldə etmək, yəni zorakılığa vurmaq, orada bir tərəfin haqqıdır, ikinci tərəfə haqq yoxdur. Halbuki haqdan danışanda ədalətlə beraber olmalıdır. Yəni hər iki tərəf yəni beraber eşit haqqa sahib durmalıdır. Eğerse iki partinin içinde beraber hak yoktursa, orada adalet yoktursa hak da yoktur. Cavab Şamili. Fərz buyurun sizin fabrikaz var. İş yeriniz var. Mən də iş axtarıram. Güc sizdədir. Burada mənim məsələn gərək 8 saat işləyəm və bu 8 saatla yaşayam, yaşayam. Maşınım ola, maliyyatımı verəm, evim ola, dolanmağa da gedə biləm. İndi amma bu pulu ki siz mənə verirsiniz, məni də işlədirsiniz, məni görmür. Xanımım da işləməyə məcburdur, uşağım da işləməyə məcburdur. Məsələn deyək. İndi burada haqqı kim bəlli edir? Hə. Baxın, mən bir dəfə danışıqlarımızda yəni qabaqca bir ədalət və bərabərlikdən danışdım. Yəni ekonomik bərabərlik, qanun qarşısında bərabərlik. Baxın, bugünkü hüquq bunu deyir. Qanun qarşısında bərabərliyin adı ədalətdir bugün. O tərif olur. Halbuki o, yəni həqiqi ədalət deyildir. Tərif olmuş ədalətdir. Tanınmış ədalət. Ya istəmirəm ki, o haqqı kim tərif edir? Bugün toplum onu qəbul edir, o haqqı. Yəni, məsələn, dövlət gelir, xalq gedir, rəy verir, dövlət anayasa yazır. Anayasa deyir ki, burada ekonomik bərabərlik deyil, qanun qarşısında bərabərlik haqq sayılır. Yəni, hər kəsdə məsullardan, adamlardan, dövlətdən, şirkətlərdən qanuna uymalarını tələb edir. Demir ki, sən milyardersən, bir gün işləyirsən, məsələn, 1 milyon qazanırsan, mən işləyirəm orada, məsələn, onun 100-dən birini qazanıram. Deyirsiniz? Yəni, o bərabər, yəni iqtisadi, mali bərabərlik deyil. Sən deyən sözün içində məsələnin burjuvazının nəqdi var. Yəni sərmayədarı sisteminin nəqdi var. Ki bizim söhbətimizə yerləşir, bu gün də toplumun ənənəsi deyil. Amma bir idə kimi, məsələ biz sosial demokratıq, yəni bərabərlik tərəfdarıyıq. Biz xalqların eşit tərəfdarıyıq hər ərsədə. Amma bu gün durum budur ki, biz yəni hüquq ədaləti ilə, hüquq ədalətinə dayanaraq o bərabər, yəni iqtisadi bərabər imkanlara yaxınlaşmağa çalışırıq. Axı, hüquq daimən dəyişir da, daimən dəyişir. Diqqət eləyin ki, baxın, sərmaya, bura geçir, biraz arı yollar, sözü aparsınız bizi. Baxın, siz aparsınız da, şimdi biraz orada qalmalı. Amma bunu deyim, sonra şey deyək. Baxın, sərmaya ya ictimai olur, ya xüsusi olur. İndi devlətlərin quruluşunda sərmayə, məsələn, Amerikada xüsusidir. Sərmayə xüsusidir. Dediniz də, Kanadada yer yox, yer hamısı xüsusidir, dövlətin yeri yoxdur. Amma o dünyanın... Hamısı dövlətindir. Kanadada yerin hamısı dövlətindir. Hamısı dövlətindir. 89% dövlətindir, yəni mələkənindir. 11% millətindir, şirkətlərindir. Hə, o cür dediniz, fikirlərim onun əksi dediniz. Yəni, baxın, sərmaya, məsələn, deyək ki, sərmaya fayət deyir. Sərmaya ictimai... Cavab, Şamil, bunu deyib, biraz da şey eləyək. Calibdir. Mələkənin özü də gəlib bura savaşmayıb, dədəsi də. Ordu gəlib burada yerəlləri öldürüblər. Deyir ki, 89% torpaqların mələkənindir. İndi yəni Çarlzındır da, Çarlza yetişibdir. 11% kollən bir belə
indi falan burada 40 milyon adam yaşayır, onlarındır. Təəssüflə ucuzdur. O zaman o qanunu yazıblar. Baxın, qanunu yazıblar, o zaman gəliblər, kəsiblər, asıblar, yazıblar. Ədalət indi hardadır? Ədalət oradadır ki, yerəlləri öldürüblər. Ədalət oradadır ki, Mələkə 89% sahibdir. Ədalət oradadır ki, 40 milyon və yerəl insanlar 11% malik. Ədalət hardadır? Ədalət Mən sizə dedim, kim təyin edir? ədaləti bir anlayış və toplum tərif edir. Amma bu cür ədalətdən anlayış, mövcud ədalətdən anlayış qanun qarşısında bərabər olmaqdır. Bu cür mövcud. O ədalətdir. Amma bərabərlik deyil. Bərabərlik deyil. Bərabərlik isə mövcud sərmayalar, imkanlar, mövcud sərmayalar və imkanlar ictimai olduğunda orada bərabərlik təmin olur. Əgər sərmayalar bəxşi xüsusidə adamların əlindədir, məsələn, toplumun %10'u, toplumun %90'ının sərmayəsi əlindədir, orada bərabərlik mənası yoxdur. Sərmayə indi beləsi, indi məsələn, bir dənə sosial dövlət gəlir Avropada, bir məmləkətdə, deyir ki, bir belə varlılardan, fabrika sahiblərindən, pullardan bir belə az alacaq, ya çox alacaq. Bu, o dövlətlər dəyişəndə bu dəyişir də, maliyyatın şeyi. Bu, yəni, o qədər bunlar gücə bağlıdır. Yəni, gücü, bunun ədalətlə... Yəni, bərabərliğin təmin olması, kolli sərmayənin ictimai olmağı ilə əlaqəlidir. Ağır sözlər bunlar, danışırıq bunlar. Yəni, mövzudan çıxmışıq biz. Yəni, orada da indi bir seri dövlətlər var. Bu, biraz bunlar teorik mübahisədir. Baxın, bir seri dövlətlər var. Bizim gələcəkdə partilərimiz ki, dövlət istəyəcəklər quralar, bunların üstündə dövlət quracaqlar. Yəni, indidən əgər bunu parti düşünməsə ki, mən ədaləti nədir görürəm, nədir tərif edirəm, əcəba qudrət ədaləti təyin edir, qanun ədaləti təyin edir, nə ədalət təyin edir, bunu eləməsə, bəlli eləməsə, sabahları hökumət quranda teorik qəziyyəni həll eləməsə, əməldə qalar, bilməz neyini. Onda biz nə hangi iqtisadi siyasət aparacağıq, onu da bizə izah edin, yekunlaşdıraq. Onu öz yerində deyərsiniz daha, onu öz yerində. Yox, elə buraya yerindən danışırıq. Tamam. Yəni, izah verin. Çünki onun haqqında sual soruşacağım. Dövlətlərin ki, baxın, bir liberal düşüncənin təfəkküründə sərmayə tamamən bəxşi xüsusun əlindədir. Sosial demokratik yəni komünist düşüncənin əsasında sərmayə hamısı dövlətin əlindədir. Sosial demokratik düşüncənin sahəsində sərmayanın bir bölümü bəxşi xüsusi, bir bölümü bəxşi dövləti, bir kəsimi təavunlar əlindədir. Yəni bir nəfər deyil, bir neçə nəfər əlindədir. Yəni 3 formada çalışır. Bu ədalət ki, deyirik, oradakı yalnız bəxşi xüsusun əlindədir. Orada... Yox, indi Cam Şamili, indi bu liberal dövlətlər, Amerika dövləti başda bir iş görübdür. Gəlibdir, böyük şirkətləri deyib ki, səham eləyəcəksən, səham satacaqsan. Yəni, məsələn deyirəm, Microsoft'ın deyək ki, 10 milyon səhamdarı var. Səhamdar bəxşi xüsusudur da. Hamısı bəxşi xüsusu, məndən sən alır da səhamı, kim alır? Tamam, yəni istəyirəm ərz edəyəm ki, taavunu şəklindədir. Əslində taavundan da üstündür bu. Taavunda 10 nəfər, 20 nəfərdir. Burada isə 10 milyon məsələn bunun sahamdarı var. Amma xüsusi siz bunu görürsünüz. Bu nədir olacaq? Yox, taavuni sistemində, yəni fəaliyyət iqtisadi taavunu da fərd deyil, bir nəfərin əlində deyil. Bəlkə bir neçə nəfərin əlində sərmayə, gəldi sərmayə və ürətim filan olur. Bu özü, baxın, xüsusi bəxş, özəl deyil, özəl bölüm, taavuni, sonra dövləti bölüm, ictimai sərmayə, dövlət ixtiyarında olan. Diqqət edin, bunların hansı güclənirsə, bu bölümlərin hansı güclənirsə, o bir tərəf zəifləyəcək də, çünki sərmayə naməhdud deyil ki, sərmayə məhduddur. Əgər bəxşi xüsusi çoxalırsa, güclənirsə, ədalətsiz camiədə
daha çox genişlənəcək. Əgər bəxşi demokrat dövlətdən danışırıq burada, demokrat dövlətdən danışırıq. Antidemokratik dövlətlərdə sərmayələrin görüşü yeşil dövlətlərdə, indi məsələn Cumhuriyet İslami. Amma pulu sərmayə aparıb yaptı, məsələn Suriyədə ordu düzəldir özündən, Lübnanda ordu düzəldir, Yəməndə filan, Afrikada, yəni olay ötür, yəni demokrat dövlətdən danışırıq ki, orada xalq, yəni seçim şeyi olsun və bir demokratik düşüncə meydanda olsun. Orada yəni xüsusi bəxşi, taavuni və sərmayə bu bəxşi dövləti. Əgər, yəni beməratib ki, bəxşi güclənir, ədalət zəifləyir. Çünki orada bir kəsim bəxşi xüsusi aparır, başqalar zəifləyir, o bölüm. Amma bu birisi bölümdən taavuni və dövləti bölüm bizdə güclənəndə onun mənfəəti kiminkidir? Toplumuncudur da. Çünki dövlət qazanan bir sərmayədən cibinə qoymuş, yəni xərcləyəcək pul ya da gələcək pul cəmiyyətinə orada hesab olsun. Yəni daha imkanat vermə xalqa güclənir. Ona görə bizimkində, bizim idəmizdə taavuni, yəni bəxşi taavuni və bəxşi dövləti, yəni dövlətin bir iqtisadi aktor olması bir tərəfdən, bir də taavuni bölümünü gücləndirmə, bu üç sektorunun yəni bir ədalətpərvər formda taarruzu. Nə əcəb bu şeyi saham məsələsinə diqqət eləmirsiniz. Yəni ədalət siz indi o taavunu tərif edirsiniz, o İran tərifidir. İran. İndi daha, yəni baxın. İndi məsələn, amma sahama baxanda, bir dənə şirkətin təsisi üçün, məsələn, deyək ki, 10 milyon adam pul qoyubdur. Mənə baxın, bir dəqiqə, burada... Taavundan daha üstündür məncə. Baxın, indi mən burada, yəni, genel formada bir şey, yəni, burada fürsət yoxdur cüziyyata girək. Yəni, geçsək bu cüziyyat içində biraz bu bəhslər girecək, yayılacaq fərqi üçün hər bölümünün özünün dünyayı söz danışmaq olur orada. Ona görə mən dedim, bizim təfəkkürümüz iqtisad sahəsindəki ədalətin kökləri də orada qazanıb biraz, yəni dayanır. Yəni, ədalət bir tərəfdən hüquq riayət eləməkdir. Bir tərəfdən iqtisadi və sahədə ədalətpərvər bölüşmənin məsələsindən də bir şey əlaqəlidir. Yəni, yalnız hüquq deyildir. Bir də liberal dövlətdə İndi bir dənə ayrı sual soruşsam, bunu daha açıqlarsınız mənə. İranda... Baxın, yəni indi 7-8 dəqiqə vaxtımız qalır. Tamam, sualımız çoxdur, amma qalacaqdır da. Hətta eləyə bilərdiniz məncə ki, bu üçün bu bəhs açılırsa, biraz onun qabağını yığışdırmaq mümkün olmuyor. Məncə, əgər sual da varsa, tamaşaçıların ki, axirdə bir neçə 5 dəqiqə, 3 dəqiqə olan haqqında danışır, o da verimli ola bilər. Çünki biz iqtisadiyyat, baxın, biz elə bir durumdayıq ki, indi oturup cüziyyat, iqtisadiyyata filan, dünyanın iqtisadından olan danışma burada bizi biraz əsli mövzulardan çox təməşsüd da edilir. Əsli mövzumuz indi ədalətdir. Ədalətdə danışanda, məsələn deyirəm, misal üçün, İran çərçivəsində, bugün İranı danışırıq da, ədalət farsların ya mərkəzçilərin, sizin deyişinizlə, mərkəzçilərin, mən fars deyirəm ona görə, mərkəzçilərin, bir dəqiqə də, icazə buyurun sualı mətrə edeyim, mərkəzçilərin, məsələn, Azərbaycanın geçən 100 ildə, tamam, Türklərin, geçən 100 ildə ərəblərin fonundan haqlarını almağı özünə haqq bilibdir, haqq tərif edibdir. Bunun mənşəyi mərkəzçilərdə farslar. Farslar cinədir. İndi bu, sizcə bu haqqı qanun, güc, iqtisad hangisi eləyir? Hangisi təsir edir? Qoy əvvəlcə bu fars məsələsinə işarə edeyim. Yox, o əslində olar. Kirmanda bir xanım xaricdən getmişdi. Kirmanda gedib bir kəndə. Orada baxmışdı, görmüşdü o kəndin adamları yonca ilə çörək var, başqa yoxdur. Ben bura getmişdi oraya film. Görmüşəm, videosunu görmüşəm. Ağlırdı. Videosunu görmüşəm. Bunlar yonca ilə çörək yiyirlər. Yəni, farslar bu sözlər, yəni, zərərli sözlərdir. Ona görə iştirak edirəm. O xanım Bəluçistana Kirmandır ora. Ora Kirmandır. Bəluç deyil, ora Kirmandır. Hətta ora uşaqların mədrəsəsinin üstündən ilan düşür və ora Loristan, Bəluçistan deyil. Loristan, orada Loristandır. Yəni, ona görə siz orada, yəni, əziyyət, yəni,
deməsək yaxşıdır. Düzgün istilahlar bizim öz etibarımız soxalar. Bunu bilməyimiz lazımdır. Bizim yəni İndi onu faşistlərə də ən son dəqiqələrimizdir. yox, bir dəqiqə qoy bu cümlələri deyim. Biz faşistlərə cavab vermə yerinə xalqla əlaqəyə girsək daha çox verimli qazanarıq. Çünki onlar heç vaxt adam olmayacaqlar. Amma insanlarla düzgün dildə danışırsaq onların cəzb eləməyinə imkan vardır. Ərz edeyim xidmətinizə ki, indi ədalətdən danışırdıq. Burada ədalət bölümündə 20 dana soru sormuşam. Dördüncüsünə yetişirik. Yəni hələ burada qaldıq ki, ədaləti, misal da vurduq İranı ki, Azərbaycanda Türkləri, İranda, ərəbləri, bəlüsləri 100 il əziblər, fırıqlar. İndi burada ədaləti onun baxımından, yəni o hakim gücün baxımından baxanda deyir, güc əlimdədir, istədiyimi yaparam. Ədalət də budur ki, mən gücüm budur. Və bilirik ki, ədalətdə də hər insan öz mənafiyindən baxar. Yəni ədalətə hər kəsin özünü adil bilər. Hətta biri oğru da belə deyər ki, mənim şəraitim budur, ona görə. Yəni özünü haqlı bilir, oğurluq edir. Bu cür deyər ki, mən haqsızam ki, oğurluq edir. Heç kəs bu cür deyil. Yəni o cür bir oğru tapanmazsınız ki, özün haqlı bilmir. Məsələn, mən Torontoda bir dənə oğru tanıram. Oğru. Torontoda. O deyir ki, mən şərqidən gəlmişəm, bizim 100 ildir nəftimizi bunlar qarət edirlər, aparırlar, bu mənim haqqımda oğurlayan buradan. Sizcə o düzdür? Mən düzlükdə, qələtlikdə danışmıram. Əslən, məndə düz qələt məfhumu yoxdur. Gedir bir başmaqçı dükkanı oradan bir başmaq olur, o pulu nəfti başmaqçı alır. İşim yox ondan. O adam beləsi. İstədim sizə nə ərz edəm. Axı bizim kommunistlər də burada gedirlər oğurluğa. Mənim intentimə təvəccüh eləmirsiniz. Mənim o qəsdi ki, istəyirəm deyəm, ona təvəccüh eləmirsiniz. Yox, mənim qəsdim budur. Biraz da bunun düzgün olub olmamasına düşünməliyik fikrin. Yox, budur. Bəzən haqqa dinən, haqqa axtaranların əlin bağlırıq. Bu sənin haqqın deyil deyə. Məsələn, deyək ki, istiqlal mənim haqqımdır, amma deyirsən, təcrid tələbsən. İndi biz burada haqq hancısıdır? O 100 ildir, bizi vurubdur, əzibdir, döyübdür, öldürübdür, istimar edibdir, işğal edibdir, hər nə desəz başımıza gətiribdir. Amma onun gözündən haqqıdır, mənim gözümdən nə haqqıdır? O hüquq deyil ki, o siz danışırsınız. Hüquq da, hüquq var burada. Orada hüququ var da. O haqqı siz adamlar gücü olduğu üçün haqqı tərif eləyibdir. Mənim də boynuma qoyubdur, işlədirdi də, zindana da verir, edam da edir. Həman hüququn əsasında. Bəluç bədbəxt, ərəb bədbəxt, türk bədbəxt, kürd bədbəxt da ki, özün haqlı bilir, zoru yoxdur, gedir, edam olur. Hocam, yəni indi İran İslam Cumhuriyyətinin anayasası qanunlarını kim demokratik qanun bilir ki, onu həqli bilirsə filan. Demokratik olmamağın adı mühüm deyil ki. O şah deyib ki, adın demət sal beynimə. İndi bu da o deyil. Biz nə indi yəni bu sizin bu sözlərinizin qarşısında nə reaksiya olmaq lazımdır yəni? Haqqı kim tərif edir? Bunun sorusunu istəyirəm, axtarıram. Çalışırıq ki, haqqı həqiqətən məsələn bir müəyyən bölümün, bir müəyyən kəsim, bir müəyyən hizbi, bir müəyyən ideolojidən çıxsın, toplumsal bir anlaşmaya çevrilsin. Adilane toplumsal bir anlaşmaya. Yəni bu günlərdə yəni bu toplumsal anlaşmanın ən mühüm sənədi yəni anayasadır. Yəni ən mühüm sənəd toplumsal ədalətin bərqərarlığında demokratik ölkələrdə yazılan çünki toplumsal da demokratik səviyyə formda yapılıb. O anayasa bugün o ədalətin bərqərarlığına, o haqqın bərqərarlığına o sənəddir. Yəni, anayasa hər 50 ildə değişə bilər. Hər 10 ildə değişə bilər. Tamam. Onda bəs axı bu haqqı olmadı ki. Baxın, qoy bir dənə ayrı misal durum. İranda dünənəcən hər kəs məvaddı müxəddir əlində tutsaydılar, edam edirdilər. İndi deyirlər ki, dəyişdiyi zaman biraz, indi deyirlər ki, yox. Məsələn, əlində tuturqacaq özü məsrəf edir, məhris hesab olur, bunu edam eləməyək. Bu Kanadada da olubdu, ha. Kanadada da hər kəs
siqar gətirsəydi, məşrub gətirsəydi, tuturdular, salırdılar uzun zindana. Sonra dedilər, bu ədalət deyil, gəlin ədalətdə bir ayrı məna verək. Hə, nə məna verək? Budur da budur. Hər kəs maliyyatını versə, eləyə bilər bu işi, görsün. Bəli, əlbəttə ədalətdən anlayış zaman değişməkdadır. Yəni yaxşılaşmaqdadır məncə. Məsələn, qabaqsa məsələn bu Onu istəyirəm deyəm. Baxın, mənim sualım budur. Kim tərif edir və nəyə baxaraq tərif edir ədaləti? Ədalətə bir də siz biraz toplumsal baxın da. Bu fərqini bir o eləyib, bu eləyib deyil. Yəni toplumsal bir anlaşma söz konusudur. Yani cemaat oturur, nümayendeler oturur mecliste bir anayasa yazır. Nümayendeler, halkta demokratik bir seçim ve toplumsal bir anlaşmanın meydana getirir. O adaletin sınırlarını tayin eder. Bugünkü Cumhuriyet İslami'nin kanunu esası yazılanda nümayendeler oturuplar çok demokratik bir, biz onu demokratik bilmişik da elbette ki. Rəy vermişik da, yani siz rəy vermişsiniz. Cavab Şamilli. Mən rəy verməmişəm, amma siz vermişsiniz. Mən rəy verməmişim Cumhuriyet İslamiyə əsla. Tamam, onlar rəy veriblər, demokratik bir sesine 98% rəy veriblər. Orada gəlib deyibdi ki, sizin haqqınız yoxdur. Və onunla da bizimlə rəftar edib. Burada kim bu, bizim haqqımız üçün qanun deyir də haqqımız yoxdur? Dedim, əvvəla bu ədalət məsələsi bir dənə bir nisbi bir şeydir. Bunu bilməyimiz lazım. Yəni, mütləq ədalət adında bir şey yoxdur. Çünki mütləq anlayış yoxdur insandan məsələlərə və zaman keçdikcə mövzular haqqında anlayışlar değişmədədir. Yəni, kültür, mədəniyyət, mövzular haqqında anlayış məsələn. Bir zaman, yəni, hətta bu Suedin özündə əvvəlin yəni, şeylər ki, insanlar, xanım, ağay ki, qanunsuz bir-biriyle beraber olublar, edam olublar birinci dəfə, bir dəfə olubdur. Ama indi burada mesela insanların evlenmeden beraber yaşamaları çok normal ve kanuni bir formu vardır. Yani bakın anlayıştan anlayışa ve haktan hakka. O zaman toplumsal anlayış zeminesi o cürsüydü ve zaman geçtikçe yani bu kaçınılmazdır. Bu kaçınılmazdır. Biz tarihi bir... Yani ədalət səyyal bir məsələdir və mənası yoxdur. Əslində budur ki, ədalətin mənası yoxdur. Yox, onu demək yanlış olar. Çünki ədalət olmayacaq, yəni ədalət olmayacaq, yəni qanun olmasın, hüquq olmasın. Qanun var, amma qanun ki, sabah dəyişəcəkdir, bunun tərsi olacaqdır. Yəni ki, bu günləri bir iddənin mənafiini qorur, o birisi iddənin qarşısında. Məsələn, o xanım ki, orada rəsmi evlənmədən edam oldular. Onlar özlərini haqlı bilirdilər bu vəziyyətdə yaşamağa. Amma bir iddə ki, özləri də əksəriyyət deyirlər, qanun yaşamını qoymuşlar ki, biz sizə edam eləyəcəyik. Çünki bizim istəyimizin tərsidir. Düzdür. Yəni, baxın, siz buna biraz reaksiyavi baxırsınız. Tamam, bu gerçəklər vardır. Məsələn, indi dünyayı qərbidə də, demokratik ölkələrdə də, yəni, deyə bilərsiniz ki, bir kərə deyər ki, bu dövlətlərin quruluşu, bu qanuna əsası sərmayə sahiblərini qorumaq üçündür. Yəni, sollar, ifrati sollar bunu deyirlər. Yəni, komünist baxış açısından. Yəni, onda bu da var. Yəni, o da gerçəkdir. O da bir gerçəklikdir. O bu yüzden nəyə görsədir? Yəni, düzdür, o, məsələn, analiz, sosiolojist analizlər içində bu gəlməyə lazımdır, baxmaq lazımdır nə olur filan. Amma hər halda bugünkü durumda, məsələn, deyəsən, bugünkü anayasa deyək bir ölkəni nəzərdə tut və onda 50 il bundan qabaq, 100 il bundan qabaq anayasasını nəzərdə tut ki, yerdən gözdən fərqlənib da, məsələn deyək, İkinci Dünya Savaşından sonra insan haqları bəyannaməsi ortaya çıxıb, yəni dünya səviyyəsində insan dəyərləri. Ondan qabaq yoxdur ki, indi o dəyərlər gəlib anayasaya giribdir və anayasa o haqlar insanlara emal olur. Yəni böyük bir ilerleme söz konusudur orada. Hani insan haklarının anayasalara girməsi. Siz bunu gözdən ata bilməzsiniz ki, yəni ilerleməni daima görməkdəsiniz, bunu görünür və orada da bir müəyyən haqlar qorunmaqdadır. Əgər nisbi baxırsınız, orada müsbət şeylər görərsiniz. Yoxsa istəsəz yalnız mənfi şeyləri qabardasınız, deyəsiniz və deyəsiniz, orada bir şey yoxdur. O biraz düzgün çıxmaz. Məsələn, sizin bu günləri məsələn, əmniyyət məsələsi, yəni, hakimiyyət və qanun və hüququn əmniyyət məsələsinin təmin olması bu vardır. Yəni, məsələn, deyək ki, hətta diktator ölkələrdə də, diktator da
faşist filan da məsələ deyək. İranda hər halda bir əmniyyət məsələsi. İnsanlar evinə gedəndə bu kəbinə saldırmayacaqlar. Məsələn, genəldə nə ki bu hadisələr, dünyanın hər yerində hadisə düşür, cinayət olur filan. Amma genəldə insan rahat gedir. Yəni əmniyyət məsələsi təmindir. Yəni bir hakimiyyətin əsli məsələlərini əmniyyət təmin etmə məsələsi, sonra da iqtisadi, ictimai məsələlər. Yəni bu sahədə çox böyük irəliləmələr meydanda var. Dünyada məsələn dünya dəyərləri çıxır, insan haqları konvansiyonu çıxıbdır. Yəni İkinci Dünya Savaşına qabaq elə bir şey yoxdur. Hüquq insan, yəni uşaq hüququndan qoruma. Amma indi meydandadır hər zat və məsələn modern dövlət qurumunda o konvansiyonu qəbul etməlidir və uşaqların haqqları o cür qorunmalıdır və bu vasitələ daima gün getdikcə bu ədalətin qanatları daha toplumda və ya dünyada açılmaqdadır deyə düşünmək lazımdır. Bunu da son sualın cevabı kimi nəzərləyək və xudahafizləşməyə şərait yaradılır. Təşəkkür edirəm, cənab Şamili. Mən indi əlan cənabınızın danışa baxırdım, cənabınızın bu 24 saatda ki, 24 saatdan az istifadə elədiniz. Hüdudən 12-13 saat istifadə eləmişsiniz. Qalanı boş gedibdir, yəni istifadə eləməmişsiniz. Bu müddətdə 10 bölümə az cavab vermədiniz. Yəni 10 bölümə ki, o birisi, birinci parti, Güney Azərbaycan İstiqlal Partisi, Salih bəy İldırım cənabları yetişmişlər, cavab vermişlər. Siz onlara yetişmədiniz. Və çox önəmli bəhslər. Mən fəqət başlıqların deyim bunların. Niyə yetişmədik? Onu da deyə bilərsən. Az gəlmişik. Yəni saatı az qoymusunuz, az fürsət qoymusunuz. Ondan saatları deyil. Yox, ondan dolayı deyil. Toplumda bir saat yarım, 2 saat olmuşuq da. Ondan çox o halda ki Salih bəy 4 saat birinci saxlayırdı. danışımız 3 saat yarımdır. Tamam 2 saat da yani, yarım varımızdır. Tamam 3 saat yarımımız da vardı. 2 saat yarım. Çoxu 2 saat. O 1 saat yarım siyasət olub, o 2 saat yarımdır. Çoxu 2 saatdır, 2 saat yarımdır. Çox tamam. Yəni əlbəttə Salih bəylə məni qiyas eləməyin. Ona görə Salih bəy gəncdir. O gəncdir. Mən biraz yaşlıyam. Hər halda indi hangi bölümləri danışmadıq ki, məncə çox önəmli idi danışaq, amma lağəl burada, yəni bu mərhələdə ki, sizi gözləyəcəyəm, sizin işlərinizi görür o birisi partilarla. O birisi bəhslərdə elə mən onu deyəcəm, indi onu deyəcəm xidmətçi. Vətən, məsələn, indi vətəni geniş təriflirdik, burada geniş sorular, onlara cavab vermədik. Vətəndaşlıq haqqın danışmadıq. Haqq özü 20 sualdan 3-ünə cavab verdik. Yarımçılıq, ədalət məsələsinə əslən girmədik, əxlaq məsələsinə əsla girmədik, hakimiyyət və demokrasi girmədik, azadlıq nədir? Əslən bəhs eləmədik, burada da bir 20 sualdan çoxdur. Dövlət özü nədir? Əslən dövlət dediyimiz nədir? O məsələdə də 25 sual zat vardı. Anayasa və hüquq, bunu əslən danışmadıq. Sürgündə dövlət. Ki, bunları şeylə danışmışdıq, Salih bəy İldırım cənabları ilə biraz danışmışdıq, biraz qalmışdı. Buradan qalanlardan Salih bəy cavab verib. Siz bunları cavab verə bilmə, yəni yetişmədik. Vaxt az qoyduğunuz üçün eləyə bilmədik ki, amma çox təşəkkür edirəm. Çox sağ olun. Çox var olun ki, 6 cələsə vaxt qoydunuz, gözəl vaxtınızı. Əlbəttə bilirəm, bilirsiniz ki, böyük bir iş başlamışıq. Böyük bir iş görünür. Burada görürsünüz, ciddi bəhslər ortaya çıxır. Ciddi düşünmələrimiz lazımdır bunları. Cənabınız Azərbaycan Demokrat Partisi Mərkəzi Şura müşaviri olaraq təşrif gətirdiniz. Mənim sayğısızlıqlarıma dözdünüz. Əgər bəhsə girdim, əgər challenge elədim, əgər öz düşüncələrimi çox dedim, üzrümü qəbul eləyin. Çalışırdım ki, özüm birinci mərhələdə mən düşünüm. Çünki mən düşünsəm fikir edirəm ki, qulaq asanlarımız ya sonra kitab oxuyanlarımız daha rahat düşünənlər, daha kolay düşünənlər. Onun üçün challenge-lərə məcbur oldum, çox üzr istəyirəm. Eyni halda fikir edirəm ki, biraz da cəlib oldu. Yəni, bəzi qismətlər açıq qalırdı, onlara da açıq gətirmək oldu. Cənabınız bu günləri də milli ərdəmlik nişanın məndən aldınız. 6 günün, mən hər gün burada yazıram, ona görə indi də yazdım, milli ərdəmlik rütbəsini aldınız. 6 günün 5 günündə milli ərdəmlik
bir günün ən ərdəmli rütbəsini almışsınız. Salih bəy İldırım cənabları ilə müstəqim getmişsiniz bərabər buracan. Salih bəyin işini umaram siz də görəsiniz. İndidən çalışın 2 həftə, 3 həftə içində bu qalan sorularımıza ki, istəsəz mən sizə göndərirəm ki, haralar qalıbdır, ya da göndərim ki, haralara cavab vermişsiniz, ya da özünüz bir iş görə bilərsiniz. Eləyə bilərsiniz ki, əvvəldən bir də baxasınız. Yap əvvəldən. Qazaşdan bunlara cavab lazım olsa istəyəsiniz verəsiniz, daha profesional, daha görmüsünüz mən nələr istəyirəm, ya siz nələr istəyirsiniz, ya sorular nələrdir. Eləyə bilərsiniz ki, baxansınız bunlara, video ilə cavab göndərsəz, mən çox-çox təşəkkür edirəm. Səslə göndərsəz, mən öz təsvirinizdən, öz filminizdən istifadə edəcəyəm, onu qoyacağam Qazaşdan, montaj edəcəyəm, səssiz olmasın, bu taza səsləriniz olsun. Xahiş edəcəm, amma cavab tamam sorulara, bu 500 soruya cavab verin, lütfən. Çalışaram da, çalışaram ki, əvvəla mən də səndən çox təşəkkür edirəm. Çox zəhmətlə, yəni bu işi aparırsınız. Həqiqətən də durum ocusudur. Vaxt qoyursunuz. Sizdən təşəkkür edirəm. Mübahisəmiz ittifaqa bir daha sizə sual vermək istəyirəm. Sonda bir zehnimə gəldi ki, bu sualı da dəyərləndirə bilərsiniz bir müsabiqə kimi. Necə puan verirsiniz? Yəni ən ərdəmli bu şeylər. Bir də video, bu danışıqların hansısına daha çox baxılıbdır? O getdik, can görərik. Bəli, bu günləri ortalama, bir dəqiqə, bunu deyim da, bu günləri ortalama 21-ə çıxdıq. Yox, baxın, gələcəkdə də reaksiya görəcəksiniz. İndi videolarda çünki bizimki bəhsimiz mübahisəli getdi. İki fikrin qarşı-qarşıya durması ilə getdi. Həyəcanı daha çoxdur, yəni bu bəhsin. Yəni fərq etsiz, həm fikrinizlə danışırsınız, orada biraz sakin gedir. Ehtimalən Salih bəyin videolarına baxmamışsınız. Xahiş edəcəm, baxın. Baxmışam, niyə? Orada da dəqiqən bu bəhsləri eləmişəm. Hətta sizlə üçün müxalifəm biraz. Qorxuram ki, dostlar məni müttəhəm eləyirlər ki, məsələn, qarşı durur. Əlbəttə, qarşı durmaq çox yaxşıdır, ha? Pis deyil. Amma Salih bəyi daha acımasız suala qoymuşam. Yəni, bunu deyəm bilərəm ki... Açmışam, görmüşəm, çalışı rəftarınızı orada gördüm suallarda, bəzilərdə çalışı rəftar eləmişsiniz, gözəldir. Hər halda elə də olmalıdır. Yəni, necə İstiqlal Zaviyəsindən mənə sual verirsiniz, indi mənlə də danışsınız, bir federal zaviyəsindən necə suallar, indi biraz da düz da federalçılar nə cür İstiqlal məsələsindən o mənfi nöqtələri haradır deyə o sualları da təbii ki, dostlara vermeniz lazımdır və cavab almaq lazımdır. Hər halda təşəkkür edirəm, əla idi mənim üçün də. Mübahisə elədik, biraz da gözəldir və ən mühüm olan bir demokratik və dostca dildən eləyə bildik. İxtilaflı fikirləri bir-birini ortaya qoyub və danışa bilək. Öz böyük bir qazancıdır bizim üçün və yalnız bizim hərəkat üçün hər kim dinləyirsə bilir ki, bu iki fərqli düşünən insan da eləyə bilər. Normalca, insanca, mədənicə danışa bilsin və başqa, yəni qeyri-demokratik rəftarlara gərək yoxdur filan. Hər halda təşəkkür edirəm hər zatdan və sizə bu işinizdə uğurlar arzulayıram. Çox sağ olun, təşəkkür edirəm. Bunu da ərz edeyim xidmətinizə. Buracan 2 dənə parti ilə biz müsahibə eləmişik. Cəlibdir, istiqlalçılar, federalçılar özlərinə %80 yaxın görürlər. Federalçılar da istiqlalçıları özlərinə %80. Amma nədən? %20'ye mütəmərkiz oluruq biz. %80'e mütəmərkiz olmuruq. Bir dənə ciddi bir hərəkət yapıyoruz. Ona mən cavab verdim. Təcrübə. O məsələ təcrübə məsələsidir. Doğru. Bax, biraz təcrübə köməklik edəcək. Çox təşəkkür. Təşəkkür edirəm. Var olun, sağ olun. Gecəz xeyrə qalsın. Bizdə sağ olun. Dostlar, əziz, hörmətli baxan dostlar, hər zaman baxırsınız. Salamlar yazırdınız, saygılar yazırdınız. Biz ciddi bir danışığın ortasında təəssüflə cavab verə bilmirdik. Salamlar, saygılarımızı qəbul edin. Hər zaman gəldiniz, baxasınız buna, ya qulaq asasınız bu sözlərə. Biz sizə saygı ilə yanaşırıq, sözlərinizi oxurdum. Bəzi dostlar nadir sözlər yazdılar, bəziləri çox gözəl sözlər, suallar yazdılar, oxudum. Təqribən sorularımın içində onların hamısına yer verdim. Hamısına yer verdim. Heç bir soru sorusuz qalmadı əslində. Amma əgər bir nəqdiz olsa, mənim şəxsim üçün, mənim şəxsim bir ayrıdır, düşüncələrim bir ayrıdır, sorularım da bir yerdədir. Mənim üçün
yoxsa qonağın möhtərəm və sayın Şamili bəyləri üçün. Əgər varızsa, mənim özümün sosial şəbəkəm var, əziz qonağımızın da sosial şəbəkəsi var. Oradan yaza bilərsiniz, e-mailimiz var, Google elərsəz çıxar. Orada hər fikriniz olsa bizim üçün ya partilər üçün yazın. Nəqdiniz varsa yazın və biz bunları qətlən mənə gəlsə göndərəcəm. Buradan da göndərmişəm. Cavablarınızı da alacaqsınız. Hər halda çox təşəkkür edirəm. Sizlər də ki bizi qulaq astınız, gördünüz. Umarım ki gələn günlərdə də görəsiniz. Sabahları tətil olmayacaqdır. Düşüncə bağı bir gündən Salih Kamirani cənabları ilə Azərbaycan Mərkəz Partisi lideri ilə eyni danışıqları, eyni sualları biraz da daha challenge-li, çünki o bizim öz qüvvəmizdədir. Xüsusən də ki bizim proqramı dünəndən yaymağa başlayıblar televizyonda. Onları daha challenge-li aparacağıq. O bahis olmayacaqdır ki, çünki onların programını, bizim program TV-də gedir, onlara bir üstünlük verək və ya eləyək. Challenge-li bir danışığımızdır. Xüsusən Salih bəy həm hüquq oxuyubdur, həm də əgər səhv eləmirsən doktorasını da Urfada almaq halındadır. Onun üçün ciddi bəhslərimiz ondan gedəcək. Mən fikir edirəm ki, çox gözəl bəhslər görəcəyik. Hər halda bir dənə sual verim. Bu yəni o televizyonda yayma ilə əvvəldən başlanır hamısı yayısında, yəni əvvəldən başlanıbdır. Salih bəy İldırımın birinci videosundan başlanıbdır. 11-ci video qutarandan sonra cənabınınki başlanacaqdır. Ondan sonra Salih bəy Kamirani'ninki və beləsi olacaqdır. Yorulmayasınız. Çox sağ olun. Sağ qalın, səlamət qalın. Hələlik dostlar. Görüşmək üzrə. Çox sağ olun.